yola saldıq elə bir. Tamam. Salam əziz və hörmətli dostlar. Bir salam olsun. Xahiş edirəm, əgər mümkündür, yayın və dostlarımızdan çoxu bilsin. Bilirsiniz, düşüncə və fikir bəhsləri çox az adam şirkət elər. Bu dünyanın hər yerində belədir. Deməyin ki, bizim millətimizdir. Bizim millətimizdə təqsir yoxdur. Xüsusən bizim millətimizdə sümürgə olduğu üçün, işğal olduğu üçün, beyni, əqli işğal olduğu üçün dahi bu fikir bəhslərinə çox fikir vermirlər. Çünki məsələn deyir bunun çox fikirləşsən dəli olarsan. Məsələn belə bir özlərinə də şey düzəldiblər. Nə deyirlər? Tarixi bir şey düzəldiblər. Çünki o fikir adamlar normalda fikirləşəndən sonra yol tapmağa çalışırlar və yol tapanda da bilirsiniz bu mütəəssifanə şeyə düşürlər də, zəhmətə düşürlər insanlar əgər ayılsalar. Onun üçün də deyiblər ki, çox fikirləşməcnə, indi halı qənimət bilginə, nə bilim, zindagi həmin ləhzə است. Həmin ləhzə deyə insanlar ömür boyu yaşırlar və bir neçə nəsl bədbəxt olur. Bu bizə əslən də uyğun deyil. Biz hal üçün yaşamamalıyıq. Biz gələcək üçün yaşamalıyıq və xüsusən gələcək nəsillərimiz üçün yaşamalıyıq. Mütəəssifanə bizim millətlərimiz, o bölgədə olan millətlər, indi müsəlman millətlər də desək dahi bəlkə şey olar. Əlbəttə o birisi millətlər də var idi. Məsələn, Qurun-i Vustada dedikləri orta qaranlıq yüzilliklər. O dövrdə Avropada hər kəs, məsələn, xanımlar əgər riyazi başarsaydı, hesab başarsaydılar, onları cadugər deyə tutub öldürürdülər. Yəni bu qədər geri qalmışlıq var idi. Bizim də bölgədə kitab yazılıbdır. Ərəb dilində bir kitab var. Məcanin, Allah nə mənə? Kitabın da ərəbcəsi yadıma gəlmir. Amma dəlilərin düşüncələri. Dəlilər kimmişlər? Dostlar, diqqət buyurun. Burası çox mühümdür. İstəyirəm o tarixi işarə eləyəm ki, nə cür bir tarixdən keçmişik, gəlmişik. Bir tarixdən bir ənənələr gətirmişik özümüzdən ki, düz deyil. Bu Əleyküm səlam əziz, hörmətli dostlar. Əleyküm səlam. Bu tarixdə, əziz dostlar, bir zaman gəlibdir ki, hər kəs istirmiş bir şey ixtira eləsin, təyyarana müsəlmanlar çalışıblar ixtira eləsinlər. Onlara dəli deyirmişlər. Niyə? Çünki taza yol axtarana inanmırdılar, insanlar inanmır. Necə ki, adam dəlidir, çıxır məsələn daşın başından qanat bağlayır, özünə hoppulur, nə bilim. Yəni o müxtəlif şəkillər. Cəlib budur, bunların əkslərini də çəkiblər, mühəndisliklərini də saxlayıblar ki, bunlar hangi mühasibələrlə istəyirdilər, qollarına şey bağlayırlar, uçalar. Amma biz bunları toplumda dəli tanırdıq. Bizə dəli tanıtdırırdılar. Onun üçün dostlar, fikir və ixtira adamları cəmiyyətdə, toplumda təhqir qılarlar. Mən dünən bir işarə elədim. Bəzən sözü gətirir, yadımdan çıxır ki, nə deyirdim, indi yadıma düşür. Heç peyğəmbərin ailəsi və familləri ona iman gətirməz. Niyə? Çünki deyirlər, bu həman filan kəsdir da, dünənləri əlimizdə yekətdik, indi yekəlib yumurtadan çıxıbdır, bizə xoruz olub məsələ. Belə bir fikrə düşürlər, qapılırlar insanlar və qəbul eləmirlər. Ərz eləyim ki, bizim də toplumda mütəəssifanə belə bir müşkül vardı da, yəni fikir sahiblərinin birdən görürsünüz ki, yaxın familləri, dostları
nə bilim, ailə üzvləri o qədər yaxın gəlmirlər onlara. Məsələn, diqqət buyursaq, Səttarxanın ailəsindən heç birisi siyasi çıxmadı. Səttarxan öldü, getdi və onun uşaqlarının heç birisi siyasi olmadı. Həzrəti Məhəmmədin qızlarının heç birisi siyasi olmadı, oğlanları da ki, yox idi. Nəvələri də ki, siyasi oldular, onlar da bir ayrı yolla getdilər, siyasətə qatışdılar və siyasi oldular. İndi qeydaq bugünkü bəhsimizə. Mən bu günləri otağı fikr nədir? Fikir otağı nədir? Fikir otağını necə düzəltmək olar? Kimlər düzəldə bilər? Və nə cür bir varlığa fikir otağı deyilir? Odur ki, adından bəllidir, bir yerdir. Adamlar orada toplaşırlar. İndi bu ola bilər internetdə, əlan biz məsələn toplaşaq bura, bu bir otaqdır. Burada fikir arveri eləyək, olur fikir otağı. Əgər biz 2 nəfər, bir nəfərdən izafə, 2 nəfər olaq, toplanaq bir yerdə və orada gələk deyək ki, məsələn, Güney Azərbaycanın ya İranda yaşayan türklərin niyə bu duruma gəlmişik, çatmışıq? Onun üstündə deyək ki, məsələn, kitab oxuyaq. Gələk deyək ki, biz ayda bir dənə cələsəmiz olacaqdır, ya həftədə bir dənə cələsəmiz olacaq, burada oturacaq, danışacaq. Amma burada hərəmiz gedəcək, ya bir kitabı hər kəsən oxuyacaq, yəni bir dənə kitab qoyacaq ortaya, deyəcək ki, məsələn, bu Əlif adlı kitabı hər üçümüz də gedək oxuyaq bu həftənin içində, ya bu bir ayın içində. Sonra gələk düşüncələrimiz nədir bu kitab haqqında? Bu kitabdan nə aldıq, onu danışaq. Bu olur bir fikir otağı. Çünki fikir otağı kitabdan çıxar, dostlar. Kitab oxumayan millət fikir otağı qura bilməz. Bu bir acı həqiqətdir, mütəəssifanə. İstəyək, istəməyək, belədir. Siz əgər bir dənə kitabı oxusaz, məsələn, mən bir kitab oxurdum, dünən gecə baxırdım videolarına, sümürgəçilik, yəni istemargəri, farsça desək, istemarçılıq, sümürgəçilik. Məsələn, bunu siz əgər 2 dostunuzla bərabər otursanız, yəni 3 nəfər olsanız, ya da ki, əslən o da deyil, sən, xanımındır, ya ərindir, uşaqlarındır, oturursunuz, bir dənə kitabı oxursunuz. Məsələn, mən indi bəzən bu şəxsi şeyləri deməkdə, bir nağılları, hekayələri, xatirələri deməkdə adam bir şey axtarır. Yəni, adam deyir ki, mən bir söz yetirmək istəyirəm. Bu sözü yetirmək üçün görək ki, nə eləyə bilərəm. Mənim burada 2 kameram açıqdır. Onun üçün mən o üzə baxanda fikir edirəm ki, şey olmur. Beləsi fikir edirəm ki, daha yaxşı olacaq. Həm ikisini də birdən görə biləcəyəm. Tamam. Ərz edeyim ki, dostlar, mən bu Kanadada, bu son zamanlarda, keçən 6-7 ildə, 20 ildir buradayım, amma keçən 6-7 ildə bir hadisə üz verdi. Mənim qızlarım, oğlum evləndilər, uşaqları oldu bəzisinin. Bunların, qızlarımın məsələn ərləri İranlı, bugün İran adlanan yerli deyil. Kanadada yaşayan uşaqlar içi burada doğulublar, onların balalarıdırlar və İranlı deyirlər hər halda. Bunlar uşaqlarına həman məsələn deyərəm 4 aylığından, 5 aylığından hər gün 2 saat kitab oxurlar. Cəlibdir, uşaq adət eləyir. İndi mənim bu
3-cü nəvəmin 13-cü ayındadır ömrü. 13-cü aydadır. Bir mutat kimi bir kitab vaxtı gəlir. Cəlibdir ki, onda gedir kitabları alıblar, gedib o kitabları sürür daşqanın üstündədir, gətirir qabağına, özü götürür. Nənə dədəsi götürəndə onu qəbul eləmir, bir ayrısını götürür özü, istədiğin. Onu götürür, gedir oturur dədəsinin, yəni nəsinin qucağında, bunu oxuyun mənə. Cəlibdir, baxırdım, gördüm ki, məsələn, 7 yaşında, 8 yaşında, 9 yaşında uşağın nəqilini oxurlar uşağa. Uşaq da oturur, qulaq asır. Çünki uşaq adət eləyibdir. İndi bunu elə oxuyanda mən birdən zehnimə gəlib, baxın, o fikr otağı beləsi olur. Burada bir dədədir, bir nənədir, bir uşaqdır. Otururlar, bir kitabı oxururlar. Mənim ki, oradan qıraqdan baxıram, öz-özümə deyirəm ki, məsələn, niyə mən uşaqlara kitab yazmıram? Məsələn, beynimdə uşaqlıqda ki, nəqillər düzəldirdim, onlar gəlir. Niyə mən onları yazıb yaymıram? Məsələn, mən bunları yazsam, daha çox pul qazanaram. Bilirsiniz, istəyirəm nə ərz eləyəm da, mən yəni, umaram ki, məni tərsə anlamayasınız. İstəyirəm deyəm ki, kitab oxumaq, məsələn, uşağa bir kitab oxurlar, mən görürəm ki, bunun haqqında mən 100 dana nağıl düzəldə bilirəm. Ki, yoxdur, mən düzəldə bilirəm. Bəs kitab sizə, hər kitab ki, oxursunuz, ailəvar oxursunuz və onun üstündə danışasınız. Sizə bir fikirlər gətirəcək. Məsələn, işsizik biz. İşimiz yoxdur. İş axtarırıq. Nə yaxdır ki, məsələn, o iş haqqında xüsusən internetdə kitablar vardır. Məsələn, gətirək deyək ki, o kitablardan tapaq, oxuyaq, ailəlikcə. Neynəmək olar? Lazım deyil, hətmən mən qabaqcakı işimə gedəm. Mən, məsələn, qazetçi idim, ömrümün yarısından çoxunu qazet eləmişəm. 32, 33 il, 34 il mən ruznamə işində olmuşam, xəbər işində olmuşam, radioda, televizyonda, məcəllədə, onlayn işləmişəm. Pul qazanmışam, yaşamışam, pisdən, yaxçıdan geçinmişik. İndi iş tapamıram. Lazım deyil, hətmən mən deyəm, illa və billah ruznaməni qarırıq gərək ola. Kitablara baxırsan, görürsən ki, olan, məsələn, ya qulaq asırsan insanlara, bu iş də var, mən bu işə də gedə bilirəm. Biraz zəhmət çəkər, bunu örgəşmək zorunda qalıram, amma tamam, örgəşə də bilirəm, gedə də bilirəm, bunu işləyə də bilirəm. Bunun üçün dostlar, kitab oxumaq təhcanına yox. 2-3 nəfər ilə bərabər. Niyə? Çünki o otağı fikir işləyirik, ya türkcə deyirlər fikir fırtınası. Yəni bu ki, 2-3 nəfər heç kəs o birisinə üstün görmür özün. Heç kəs o birisinin sözünə təslim deyil. Hamı deyir ki, fikrinizi tökün örtüyə. Bu kitabı oxuduq, buradan nə aldıq? Ya bir dənə mövzu qoyur, məsələn deyir ki, hangi işi işləyək, ya işi tapaq? Deyir ki, tamam, gəl məsələn bunları danışaq. Gedir, onları danışır. Hər kəsənin nə zehninə gəlir, gülməli də olsa, ağlamalı da olsa, ağla batmayan da olsa tökür yerə. O mizin üstünə. Çünki o ağla batmayan fikir mümkün ən yaxşı fikirdir. O ağlı gəlməyən fikir, dəli fikir mümkün ən yaxşı fikir ola. Bəs fikir fırtınası otaqlarda olur. Yəni o otaq dediyimiz nədir? Dedik, ələn mən burada 1-2 dənə dostumuz var, bir də mənəm, bu bir dənə otaqdır. Fikir otağıdır. İradə nədir? İradə budur ki, burada mən fəqət danışıram, dostlar danışmırlar. Amma əgər biz 2-3 nəfər toplanaq, gələk burada, bir hədəf bəlli olar. Deyək ki, biz istəyirik görək, bir dənə otaq fikri yaradaq. Fikir otağı yaradaq. Nə cür yaradaq? Elə bu cür qərar qoyuruq ki, məsələn, Oğuz bəylə mən belə qərara gəldik ki, hər həftə cuma axşamı saat 9 Təbriz vaxtı ilə gələk burada ikimiz danışaq.
Hərəmiz bir şəhərdir yox. Arada neçə saat aralıq var, fərq eləməz ki, neyləyəcəkdir? Oturaq orada danışaq. İndiyəcə məsələn neçə həftə idi xəbər təhlil edirdik. Dünəndən qərar, yəni keçən cəlsədən qərar qoyduq ki, yarısı xəbər təhlili, yarısı da keçsin fikir məsələləri danışaq. Yəni baxın o otaqdan çıxdı da, sonunda o otaqdan gördük ki, biz axı xəbər təhlili neyinirik məsələn? Hamı da xəbər təhlil edir. Nə yaxşı ki, biz də otaq olmasaydı heç bunu düşünməyəcəkdik. Ki məsələn tamam gələk ikiyə bölək, yarısında bu olsun, yarısında bu olsun. Bunun üçün dostlar, otaqda hamının bərabər haqqı olmalıdır. Heç kəs o birisilərə dəstur vermə, falan eləmə deyil. Heç kəs öz fikrin o birisilərə zor eləməli deyil. Qəbul etməli deyil. Yəni onda otağı fikirlikdən çıxır, rəislikdən olur. Cəlibdir, bu Kanadada, Amerikada fikir otaqlarında rəis gərək ola. Yəni bir idarədir düzəldiblər. Burada idarələr də var bunun üçün. İranda da çoxdur. Təbrizdə də 3 dənə ya 4 dənə fikir otağı var, Tehran yaradıbdı. Urmiyədə 4 dənə ya 5 dənədir. Mən bunu 2011-də, 12-də işləmişəm. Günas TV-dən yaymışam. Ona görə yadımda da idi. 2011-dən də indiyəcən bir 13 il keçir. Bu 13 ildə məsələn mümkündür ki, bu fikir otaqları 10 dənə olmuş ola Təbrizdə, 20 dənə olmuş ola məsələn Batı Azərbaycanda, Urmiyədə, Urmiyənin ətrafı şəhərlərində. Ərz eləyim huzurunuza ki, bu rəis ki gəlir, rəis fikrini deməsin. Çünki rəis fikrini deyəndə hamı rəisi təyin eləməlidir. Çün rəis iş verir, çün rəis pul verir, çün filan elədi, bəhmandı, ondan himayət eləməsən. Onun üçün insanların zehni budur ki, bir güclüdən himayət eləyərlər. İnsanlarda bu vardı da ki, insanlar deyirlər ki, biz güclüdən himayət eləyək. Hər kəs güclünü sevər. Güclünün yanında durar. Onun üçün pullunun yanında dururlar, onun üçün güclünün yanında, dövlətin yanında dururlar. Niyə indi bizim yanımızda çox az adam vardı, amma İran dövlətinin yanında çox adam vardı? Çünki onda pul var, onda güc var. Bizdə indi güc yoxdur. Biz dövlətimizi quran gündən güc ələ gəlir. Güc ələ gələndə görəcəksiniz ki, Azərbaycanda 40 milyonun 39 milyon 999 nəfəri dedi ki, mən Azərbaycanın ordusuna gəlirəm. Çünki güc ələ gələndə insanlar gücü sevərlər, gücə bağlı olarlar. İndi bəs fikir otağı nədir? Fikir otağı bir yerdir ki, orada insanlar təvafuq edirlər, bir nəfərdən çox, 2 nəfər ya çox. İnsan təvafuq edir ki, biz burada toplanacağıq, bir dana mövzu haqqında ya bir kitab haqqında oxuyacağıq, danışacağıq, fikirlərimizi deyəcəyik. Ya fikir fırtınası yaradacağıq. Nə cür? Deyəcəyik ki, mən dostlar, bu fikir fırtınasını Çinlilərdə çox cəlib görürəm. Bir dana bir şeyi o qədər müxtəlif şəkildə tərrahlıq elirlər ki, adam təəccüb edir. Wow, mənim niyə ağlıma gəlməyibdi? Məsələn, tamam kompaniyələr maşın düzəldirlər. Maşın 2 rədif səndəlisi olur. Bir sürücüdür qabaqda yandakı ilə, bir də daldakı oturanlar üçündür. Cəlibdir, məsələn, bəzi maşınlarda gətiriblər daldakına uşaqlar üçün ya böyüklər üçün bir laptop qoyublar. Bu özü bir tazalıqdır. Bəziləri gətiriblər, mən bunu son zamanlarda gördüm, gətiriblər kafe yeri qoyublar, dalda, ortada qoyublar. Bu da qabaqdan var idi. İndi bəzi maşınlar, Çinlilər gətiriblər qəhvə ya çay qoymaq yeri düzəldiblər. Ruznamə, məcəllə oxuyub ora qoymaq yeri düzəldiblər. Kompüter yeri düzəldiblər. Diqqət buyurursunuz. Yəni, insanlar beyin fırtınasından buna yetişirlər. Məsələn, birdən deyir ki, məsələn, niyə biz maşınımıza filan şeyi qoymayaq? Ya gəlin filan şeyi də qoyaq. Adam birdən görürsünüz ki, o heç kəsin ağlına gəlmirdi, batmır. Birdən hamının ağlına batdı ki, bu yaxçıdır ha, bunu qoyanda bizim maşınımızda bu apşin olur, yaxçı olur. Fikir otağı belə bir şeydir. Fikir otağında hər nə haqda desəz danışarlar. Yəni,
Hər fikir otağı bir şey üçündür. Hər şey üçün olmaz bir fikir otağı, hər şey üçün olmaz. Məsələn dedim, biz istirik görək ki, Azərbaycan üçün istirik çalışaq, amma istəmirik insanlarımız da qorxsunlar, gəlsinlər bu otaq fikrə. Nə edirik? Deyirik ki, gəlin kitab oxuyaq. 3 nəfər toplanırıq, kitab oxuruq. Hərə bir fikir deyir. Vəsətdən bir fikir pırt-pırt çıxır. Ki, bu kitab buna cərətqə vurdu. Bunun yandırdı, başlatdı. Bu bizə çox-çox önəmlidir. Çox-çox önəmlidir ki, biz eləyə bilək, fikir başlayaq. Mövzunu təyin edirik otaqda. Bayaqçı deyirdim, rəis fikrin deməz buna görə ki, adamlar onun etkisi altında qalıb, fikirlərin gizlətməsinlər filan. Qalar axırda, hamı fikrini desin, mən də axırda deyərəm. Fikirdə yazarlar. Dedikcə yazılar. İndi məsələn, əgər kaş biz burada bir 5 nəfər, 10 nəfər olaydıq, elə burada bir dənə fikir ortaya ataydık ki, məsələn, İsrail İran savaşı hara gedə bilər? Çox dəli fikirlər zehnə gələ bilər. Çox ağılsız fikirlər, amma mümkündür ağılsız fikirlər ən yaxşı fikirlər olar. Onun üçün beyin fırtınasına icazə verək. Beyin fırtınası mən bəzən yazı yazıram. Ya bir şeyi bir dənə məsələn Azərbaycanlı yox da biz türküq müstəmiri yox, beynimiz müstəmir olubdur. Bir dənə kəlməni tərif edirəm. Bunu tərif eləyəndə deyirəm ki, adamlar mənə irad tutacaqlar. Tamam, iki yolum var. Ya yazım, ya yazmayayım. Ya yazım mənə adamlar irad tutsun, ya da yazmayayım. Çox adam bundan qorxur ki, mənə irad tutarlar, yazmır. O halda ki, elm dediyimiz bir şey ki var deyirlər, elm. Bu elm ibarətdir insanların yazdıqlarından, danışdıqları elm hesab olunur. Çünki qalmır ki, danışıq buradan gəldi, qulaqdan getdi, bir ayrı enerjiyə döndü, yox oldu, getdi. Bilmirik qalacaq, yəni bilmirik ki, deyirlər qalacaq da, amma bilmirik ki, bu məsələn dərdə dəyəcəkdi, dərdə dəyməyəcəkdi, o qutarı getdi, əlimizdən çıxdı. Amma yazı ki yazırsınız, o nəsillər boyu qala bilir, insanlar oxuyurlar, onu deyir ki, yanlış düşünübdür. Bunu bir ayrı cür də demək olar. Ya daha bunun üstünə bu kəlməni də qoyub daha yaxşı eləmək olar. Bu nə olur? Elm bundan törənir. Biz birincisi gərək dostlar, İranda yaşayan türklər hər kəs savadı olmaya, əslən savada rəbti yoxdur. Fikir otağının savada bağlılığı yoxdur. Sizin savadınız olsun doşkura ya olsun ibtidai. Savada ilgisi yoxdur. Çoxlu dərs oxuyanlar vardı, döşkuralar vardı ki, əslən fəqət həmmalətül kitab. Qur'anın bir gözəl sözü var. Deyir ki, bəzi insanlar həmmalətül kitab. Çox üzr istəyirəm. Eşşəyə bənzirlər ki, yükləri kitabdır. Ya məsələn bunların içində bəziləri vardı, o yükləri kitab yəni nə mənə? Kitabı daşıyır, amma kitabda nə yazıbdı, nə düşündü, nə yedi, əslən bunları bilməz. Bir iddə vardı, məsələn bizim buna misal bizim bir ustad danışqahımız vardı, bizə şey deyirdi, strateji deyirdi danışqahda. Məsələn mən onun dərsindən o zamanki dərs deyirdi. Demirəm indi ki, onun üstünə bir 20 il keçir, 25 il, 30 il keçir. Demirəm ki, indi məsələn 34 il əslində keçir. 33 il. 1370-dən bu da mən o adamın dərsində idim. İndi 1403-də iştibah eləməsəm olur 33 il. 33 il qabaq o strateji ustadımız bizə Leviatan kitabından dərs deyirdi məsələn. Əvvələn heç bilmirdik o Leviatan kitabı nədir? Çünki bizə verməmişdilər ki, almamışdılar, tərcümə də olmamışdı. Özü də Alman aşığı idi. Almanda dərs oxumuşdu, Alman aşığı idi. Məsələn, mən bunun dərsindən heç süd öyrəşmədim. Heç süd yox idi.
Yəni adam əslində bir dənə cümləsi vardı. Onu təkrar elədi, Habs elədi, filandı, Bəhman dedi. Bundan sonra isə yəni mən o adamı məsələn elə o zaman da deyərdim ki, bu adam məsələn niyə bunu ustad ediblər? Nəzərimə gələrdi ki, bu həmmalətül kitabdır. Yəni kitabı oxuyubdur, amma bilmir. Habzı oxuyub, amma bilmir. Leviatanı bəlkə oxuyub, amma bilmir. Bu bir tərəf qəziyyə. Bir də məsələn bəzən də dostlarımız var, görürsünüz ki, başmaqçıdır. Kitab oxumuşdu. Savadı az idi ya da təqribən savadı yox idi. Yazı yazırdı. Siyasi təhlil verirdi. Siyasi qruplar düzəltməyə çalışırdı. Təşkilatlanmağa çalışırdı. Yəni bu istəyirəm deyəm ki, savadın təsiri yoxdur. Quranda iki dənə millətə tohin olub. İki qəşrə, iki sinfə tohin olubdu. Hər ikisi də kitabla ilgilidir. Birində deyib bunlar eşgəhdilər, kitab almırlar, kitab daşırlar. Birində də deyib ki, bunlar düşünmürlər. Dədələrinə müqəlliddirlər, keçmiş nəsillərinə müqəlliddirlər. Onlar nə deyilbilər, elə bunlar da o yolu tutublar, gedirlər. Baxın, görün nə gözəl, yəni Quranda bir nəqd var. Deyir ki, kitabı gərək oxusan, onu üstündə düşünəsən. Görəsən düz deyir, ya qələt deyir. Görəsən bu dərdə dəyən bir sözdür, dəyməyən bir sözdür. Quran adında bir kitab var. Bizim kitabımızda, inandığımız kitabdır. Məsələn, neçə nəfər bunu oxuyublar, görürlər ki, bu nə deyir? Fikirləşərlər ki, bu nədən, nə mənə, ya nə mənə? Axı, bu kitab deyir ki, hər kəs mənə bir ayə gətirsə, mən batil olam məsələn. Məsələn, görək bu kitabın bu iddiasında nə deyir axı? Gedirik bunu qəbri üstü oxuyuruq. Bunlara deyirlər hammal. Onun üçün mollalar hammaldırlar. Dincilər, çünki bunlar deyir ki, yox da bu kitabda mən bundan sonra hissət demək olmaz. Bunlar hədis dedikləri məsələn bir şeydir. Yapışıblar ondan, Qurandan baxmırlar, fikirləşmirlər, düşünmürlər. Zehnləri bir dənə dəmir yolu kimi bir şey düzəldiblər. Bizim zehnimiz bundan gedəcək. Bundan çıxsaq qabağa suqut elərik, aşarıq. Diqqət buyurursunuz. Bəziləri də danışırsan, kitab, məsələn, təhqiq eləmişəm. Mən təhqiq eləmişəm, inanmışam. Xoş, neçə kitab oxumusan, hansılar oxumusan? Baxırsan, görürsən ki, 4-5 dənə dərdə dəyməyən kitab oxuyubdur. Onların da hamısı, məsələn, molla yazıbdır. Ya o fikri ki, istir onlar yazıblar. Bir dənə gedib bunların müxalifini oxumayıb görək ki, mən də oxumamışam. Yəni, indi deyil, yox, məsələn, mən gəlib, məsələn deyirəm, məsələn, dinsizlərin, ya Məsihilərin İslam haqqında yazdığı kitabı oxumamışam. İslam haqqında oxuduqlarım kitabların hamısı müsəlmanlar yazıblar. Bunun harası təhqiqdir? O halda ki, məsələn, bu son zamanlarda Lobnanlı bir ərəb ilə tanış oldum. İnternetdə tanış olmuşam, yəni özünü tanımıram, mən fəqət videolarını görmüşəm. Məsihidir, keşişdir. O, məsələn, gəlibdir, İslamı sökür qoyur yerə. Adam da qulaq asır, görür ki, olan, biz bunları heç eşitməmişik. Bəs dostlar, kitab oxumaq savada bağlı deyil, yazmaq da savada bağlı deyil. Bizim bəzi şairlərimiz vardı tarixdə, bəzi yazarlarımız vardı tarixdə, dərs oxumayıblar. Elə əlifbanı öyrəşibdir, özü oturub ondan yavaş-yavaş özü yazıb, öz düşüncəsini yazıbdır. İndi biz əgər 4 nəfər, 5 nəfər olsaq, yığılsaq burada, bu bir dənə otaqdır. Bu otaqda qərar qoysaq ki, bir mövzu haqda təhqiq eləyək. Məsələn, dostlardan biri keçən həftə dedi ki, bir yerdəydik, toplanmışdıq. Cəlib bir söz dedi. Dedi ki, Azərbaycanda elə cavanlar vardı ki, deyəndə ki, məsələn, hərəkəti milli bilmirlər yəni mənə. Elə adamlar var ki, deyəndə ki, məsələn, Günaz TV bilmirlər yəni mənə. Elə adamlar ki, deyəndə İstiqlal bilmirlər yəni nə mənə.
Mən bu dostumuza dedim ki, tamam, elə adamlar da var ki, savadı yoxdur. O dediği adamlar danışçıydılar. Deyirdi danışçıdır, amma bunları bilmir məsələn. Ərdəbilli idi özdə. O misal verdi ki, Ərdəbilli bir dostumuzdur, gəlib Türkiyəyə. Bundan soruşur, heç bilmir. Mən də dedim ki, tamam, məsələn, bunun da tərsəsi var. Məsələn, filan kətdə bir dənə qoca xanım, məsələn, Günas TV ilə ilgidədir. Mənlə ilgidədir, onunla ilgidədir. Bu darsı da var. Amma indi gəlin bunu təhqiq eləyək. Yəni, bundan rahat. Məsələn, danışçılarımızı tanıyaq. Otaq fikirdən bunlar çıxar, dostlar. Otaq fikirdə birdən deyər ki, biz millətimiz istiqlal istəyir. Hardan bilək millətimizi? Məsələn, İnsafəli Hidayəti iddia edir ki, mən millətimizin nümayəndəsiyəm. Filankəs də deyir ki, səni kim nümayəndəliyə seçibdir? Normalda şey deyir da, dövlət, İran dövlət deyir ki, sizi kim nümayəndə, sizə kim haqq veribdir, millətin tərəfindən danışarsınız. Millət nümayəndə seçib göndəribdir məclisə, onlar danışar. Siz ki, nümayəndə deyilsiniz. Tamam, bu çox gözəl, tamam. Buradan bu nəqd var. Bunun isbat yolu var. Görək ki, o nümayəndə millətin sözünü danışır ya İnsafəli millətin sözünü danışır. Nə edərlər buna? Gələrlər, məsələn, bu otaq fikirdən belə bir sual çıxdı da. Görək ki, İnsafəli Hidayət ya nümayəndələr, hansısa bu millətin sözünü danışır. Fikrini ortaya qoyur, dərdini ortaya qoyur, yol göstərir. Gəlirik deyərik ki, bu otaq fikir, gedin, görün ki, fوق lisans məqtəyində ya doktora məqtəyində danışıcılardan tapın. Azərbaycanlı ya qeyri-Azərbaycanlı, Kürd, Ərəb, Bəluc, Türkmən, Fars. Gəlin deyin ki, bu haqda bir dənə təhqiq elə, sən tezivi bu haqda yazı ilə, xərcin biz verək. Normalda danışıcılar təhqiq üçün, Kanadada da bu cürdür, İranda belə deyildi. Mütəəssifənə mən İranda təhqiqat keçirdim, 8 vahid təhqiq oxudum. Bu 8 vahiddə bizə demədilər, siz yerə projeni yazasınız, projenin mali həzinəsində çıxadasınız, ondan sonra bu proje icraya gedir. Kanadada o cür deyil. Kanadada deyir ki, əvvəl gərək fikri qoyasan ortaya, ondan sonra da xərcin qoyasan ortaya. Ondan sonra ki, çıxasan, deyəsən ki, mən istəyirəm bunu təhqiq eləyəm. Çünki əgər xərci o qədər ola ki, eləyə bilməyəsən, niyə bunu yazırsan ki? Niyə enerjini buna qoyursan ki? Danışıcıya bunu deyirlər. İndi biz bir dənə fikir qoyduq ortaya, dedik ki, bunu təhqiq eləyək. Getdik, bunun əbzarını tapmağa. Əbzarları nədir? Budur ki, doktora danışıcıları, fوق lisans danışıcılarından tapaq. Deyək ki, məsələn, biri Tehranda, biri Kərəcdə, biri Zəncanda, biri Qəzvində, biri Həmədanda, biri Batı Azərbaycanda, biri Doğu Azərbaycanda, biri Ərdəbildə və Əraşda, Simnanda, Yəzdidə, Kaşanda, nə bilim, Qəşqayistanda, Türkmənistanda. Məsələn, bu tədadda, məsələn, deyək ki, sən burada bunların təhqiq eləsən də burada, həman bir dənə mövzunu, məsələn, deyək ki, 10 dənə Türk iyalətində təhqiq eləyin. Mövzuları, sualları, indi gəlirik bura, dostlar. Deyirik ki, bu danışıcıya dedik, bu da qəbul elədi. Büdcəsi də dedi ki, məsələn, 10 milyon, 5 milyon, 3 milyon, mənə buna pul lazımdır. Tamam, bunu da dedik ki, tamam, veririk. İndi gəlirik bunu ki, suallar nə olsun? Beyin fırtınası lazımdır. Teori lazımdır. Yəni, biz gəlib burada teori qoşacaq ki, böyük şeyləri kiçik bir suallarla böyük bir şeyi izah eləyə bilək. Burada görürsünüz, yenə beyin fırtınası, suallar tökülük, tamam sualları tökülük burada, yazılır. Onlar ki, ağla gələr, ağla gəlməz, yaxçıdır, gülməlidir, pisdir, utanıram deyən, bunlar yoxdur. Bunların hamısını tökür, sonra bunların içindən fikir çıxır. Görür ki, bunların içindən yıxsan, 10 dana fikir çıxdı. Məsələn, bunlardan, məsələn deyirəm, indi soruşaq. Bu otaqda dedik ki, biz nələri soruşsaq bilərik ki, bu millətin nümayəndəsi, nümayəndəsən kimdir? Əvvəl bunu deyək onda. Nümayəndə kimdir? Nə iş görsə ona deyirik nümayəndə. Əcəba,
seçilən adamlara deyirik nümayəndə, yoxsa adamlar ki, seçilməzsə də millətin sözünü deyir. Bir dənə sual beləsi, baxın, bu buradan çıxdı. Buradan çıxdı ki, biz kimə nümayəndə deyirik? Bu bir dənə teoridir. Onda deyirik ki, məsələn, hər kəs, teorimiz belə olsun, hər kəs millətin sözünü desə, işinə baxmayaraq, savadına baxmayaraq, bu teoridə bu gəlir. Bu, millətin nümayəndəsidir. Baxırıq məşrutə dövrünə, məşrutə dövründən. Əlbəttə bilirsiniz, təhqiqatdan normalda gedərlər bir tarixi təhqiq deyirlər də, nümayəndələr nədir olubdur. Məsələn, bizim nümayəndələrimiz birincisi məşrutədədir. Orada görürük ki, məşrutədə nümayəndə seçilmək üçün şey yaranmır. Bu da çox mühüm məsələlərdən dostlar. Mən bunu bəzi dostlarımla danışmışıq, görmüşəm ki, diqqət eləməyiblər, amma mənim zehnimə gəlibdir. Məşrutə dövlətində, məşrutə məclisində o ziyalı şahımız Müzəffəriddin Şah və oğlu Məhəmməd Əli Şah deməyiblər ki, hər kəsin lisansı var, gəlsin nümayəndə olsun. Çünki lisansı alan, yəni ki, biz də lisans almayanları qəbul eləmirik. Oldu bir dənə qəşr, bir sınıf. Hər kəsin bu işi var, yəni lisans alıbdır. Bu eləyə bilər məclisə, o birisilər eləyə bilməzlər. Yəni nə mənə? Yəni bu millətdə bu lisans əslən ömründə məsələn harda yaşayıbdır, bilək bu millət nə çəkir. Məsələn, elə bilin deyək ki, hər kəsin kərxanası var, gəlsin olsun nümayəndə. Hər kəsin kərxanası yoxdur, nümayəndə ola bilməz. Bu nə deməkdir? Bu bunu deməkdir ki, bu kərxanaçı əslən millətin içində yaşamayıb ki, kasıblıq çəkməyibdir, aclıq çəkməyibdir, işsizlik çəkməyibdir, pulsuzluq çəkməyibdir, uşaqlarından utanmayıbdır, evsiz qalmayıbdır, kirasını yetirə bilməyibdir, kolyəsini satmağa getməyibdir ki, şeyliyə, tamam, bu bizim dərdimizi bilməz ki. Məşrutə dövlətində o dedim, böyük şahlarımız Müzəffəriddin Şah və Məhəmməd Əli Şah nə deyiblər? Deyiblər ki, nümayəndəni o adam seçər ki, nümayəndəni tanır. Kim nümayəndədir? Məsələn, Təbriz yekəlikdə şəhərdə 20 nəfər, 50 nəfər, 100 nəfər nümayəndə olsun. Bunları Təbriz milləti bunları tanır, yox. Tanımaz ki, hardan tanıyacaqdır? Bu 50 nəfərin heç mümkündür, birini tanımır. 50 nəfərdən birini belə tanımır millət. Bəlkə biri radio, televizyonda 2-3 dəfə görsənib görüblər, bəlkə. Onda %10'u, %20'si, %50'si tanır, qalanı tanımaz. Nə edəcəkdir? Məşrutədə belə təsmin tuturub, ağıllı şah, çox ağıllı, çox ağıllı. Deyir ki, hər şəhrin içində sinflər var, işlər var. Bazarlılar bazar nümayəndəsi seçəcəklər. Nəccarlar nəccar nümayəndəsi, palanduzlar palanduz nümayəndəsi. Məsələn, bəqqallar bəqqal nümayəndəsi. Çünki hər kəsin bir işi vardı da. Amma o işində olanı tanır. O işdən xaricləşin, dəmirçilər dəmirçi, qənovçular qənovçu, zəmitçilər zəmit. Baxın, görürsünüz nə gözəldir. Yəni, siz indi yol ilmək salanlar deyək ki, Təbrizdə bir 10.000 dənə ilmək salan var. Əgər bunların mərkəzi olsa, bunlar bir-birini tanırlar. Dəmirçilər bir-birini tanırlar. Nəqqaşlar %90 bir-birini tanırlar. Bunun üçün məşrutədə gəlir deyir ki, sinfidən seçəcəksiniz. Və nümayəndələr beləsi gedir. Gedirsiniz məclisə, görürsünüz ki, əksi vardı məclisin, Məclis Şura Milli Məclisin. Nümayəndələr yastıq qoyublar, üçün onda hələf elən birinci məclisdə səndəl yoxdur. Yastıq qoyublar, uzanıblar, yerə yatıblar. Əhsin salıblar, deyirlər ki, bunlar bunun dilini bilmir. Biri danışır, məsələn, farsça danışır, bunlar bilmirlər. Yəni, bu üçün İranlılar yalandan deyirlər, ha, fars dili müştərək dildir, nə bilim, tarixdən gəlibdir. Məclisdə nümayəndə bilmir ki, o nə danışır, başını qoyub uzanıbdır. Bir neçə aydan sonra deyirlər, bizə bunlara dilmancı gətirək, mütərcim. Türkçəsi dilmancıdır bizim dilimizdə, dilmaşdır. Dilmancı gətirirlər, bu dilmaşlıq edir. Yəni, o tərcümə edir. Bir yol. İndi İranda nə eləyiblər dostlar? İranda gəliblər, məclisi təbəqati eləyiblər. İngiliscə class
Təbəqət olubdur. Yəni özü də buna görə ki, imtiyaz verə, təbəqəni də sındırıb. Yəni özü qanun qoyubdur, sonra qanun sındırıb. Deyibdir ki, mollalar da əgər hövzə-i elmiyyə bunlara muadil versə, bu muadil lisans, fövq lisans olsa, bunlar da eləyə bilərlər, gəlsinlər. Ağa, bayaqdan demiştin axı lisans. İndi istəyirsən üçün mollalar da keçsinlər ora, 2 sinfi gəlsin. Bir onlar üçün lisans və lisansdan üstə mədrəkləri vardı. Bir də mollalar üçün muadil lisans dərsləri olar. Öz də ondan sonra deyir ki, mən bunu deyim da lisans kimdir. Lümə oxusa olur lisans, lümədən üstə getsə olur nəmənə oxusa olur fövq lisans, getsə də məsələn ictihad dərslərinə getsə olur döktürə. Tamam. Yəni bir dənə gençlik deyir ki, o birisilər. İndi bunlar gediblər məclisə, diqqət buyurun, görün bizim başımıza nə oyun gəlibdir. Döktürlərlə mühəndisləri yığıblar məclisə. 2 eşli heç birisi işləməyibdi. Heç birisi bəlkə aclıq çəkiblər uşaqlıqlarında, amma evlənən zamanı, danışıqdan çıxandan sonra aclıq çəkməyibdi. Çətinlik çəkməyibdi. Məclisə gedəndən döktürlərin hüququ, bu hətta döktür Pezeşkiyanın vəzirlik dövrəsində və nümayəndəlik dövrəsində döktürlərin hüququ 10 bərabər getdi yuxarıya. Yəni məsələn Pezeşkiyan gələndə gedirdin döktürə 3000 tümən əgər yadımda olsa 1300 məsələn deyək ki 58, 59, 60, 61, 62 nə bilim 70 bunlarda. Gedirdin 60, 64, 65 bunlarda. Gedirdin döktürə 3000, 5000 verirdin, gedirdin döktürə. İndi döktürə gedirsən, biyməni qəbul edir, biyməni alır. Ondan sonra deyir, mən biymə ilə baxmıram, fəqət biyməni yazacağım. Kağızı götürür, yəni biymanın kağızını götürür, qoyur ora. Səndən də var 200, 250, 500 alır, deyir ki, məsələn, müayinə edəcək. Yəni təbəqatı oldu da, məclis təbəqatı oldu, mühəndislər kef edirlər. Adamlar ölür, gedir, zəlzələ düşür, adamlar ölür, mühəndislərin burnundan qan gəlmir. Bunun üçün nümayəndə, indi biz otağı fikirdən danışırıq, ki, qeyd edirəm nümayəndəyə. Otağı fikirdə indi dedik ki, biz istəyirik təhqiq eləyək, görək ki, millətin nümayəndəsi kimdir? İnsaf əliyyət insanlar nümayəndədir, yoxsa məclisə gedənlər nümayəndədir? Nümayəndəni də tərif elədik özümüz ki, bizim nəzərimizə nümayəndə o adamdır ki, fırtınadan çıxdı da, bu dedik 5-10 dana sual töydük, içindən çıxdı ki, nümayəndə o adam ki, millətin sözünü danışsın. Görək bu millət bu sözü deyir, rədd edir. Bir dana, 2 dana sualla bunu qoyuruq şeyə, 5-6 dana da ayrı teori qoyuruq, göndəririk millətin içinə. Millət bunu oxuyurlar, deyirlər ki, cavab gəlir. Baxırıq, görürük ki, deyirlər, yox. Hər kəs gedib məclisə o nümayəndədir. Tamam da, onda mən çıxdım. Amma əgər millət desə ki, yox, hər kəs bizim sözümüzü deyir, bizim nümayəndəmiz odur, üçün sözümüzü deyir, onda o nümayəndələr ki, məclisdə nümayəndə deyil, mən nümayəndəyəm. Diqqət, fikir otağı bir budur ki, tapa müşkül nədir? Fikir otağının bir işi budur ki, deyə, ağa, müşkül nədir? Bir də budur ki, deyə, müşkülə çarə nədir? Çarə deyəndə bir dana çarə yox. Yəni, burada, məsələn, o otaqda olanlara deyirlər ki, beyin fırtınası yaradın. Yəni ki, nə mənə gəlir zehninizə, türklərin müşkülü nədir? Niyə inqilab eləyə bilmirlər? Niyə İran dövlətini yıxanmırlar? Bu sual. Türklərin müşkülü nədir ki? Fikir otağında bunu məsələn soruşuruq. Türklərin müşkülü nədir ki, İranı yıxıb istiqlallarını alamırlar? Bu beyin fırtınası eləyək. Beyin fırtınasında hər kəsin ağlına gələni, gəlməyəni, gülməli ola, qorxmalı ola, ziddi insanı ola, ziddi hüquq bəşər ola, hər nə ola tökür meydana. Tökür ola. Mülahizəsiz. Görürsünüz, bir də məsələn, bir dana buna 300 dana, 500 dana söz tökülür ki, bu dəlil, bu dəlil, bu dəlil, bu dəlil. Yığırsınız, bunları dəstələyirsiniz, görürsünüz ki, məsələn, okey. İndi ikinci işi nədir? Çarələr nədir? Neynəmək olar ki, Azərbaycan ya Türk milləti İranda qalxsınlar, Fars dövlətini yıxsınlar, öz dövlətini qursunlar? Neynəmək olar? Yenə də beyin fırtınası edir. İndi ondan sonra deyirik ki, tamam. Ya da deyirik ki,
Əvvəlinci suala gələndə deyəndə, niyə müşkül nədir ki, türklər Fars dövlətini yıxanmırlar? Beyin fırtınası elədik, gördük bir nəticəyə çatmadıq, çox bir şey çıxmadı. Deyirik ki, tamam, dostlar, gedək kitab oxuyaq. Gedək o birisi millətlərin istiqlal alıblar, onların kitablarını oxuyaq. Gedirik Əlcəzairin tarixini oxuruq, gedirik Türkiyənin, yeni Türkiyə, Osmanlı yox. Yeni Türkiyənin tarixini oxuyuruq, gedirik Ərəb məmləkətlər ki, Osmanlıdan ayrıldılar, onların tarixini oxuyuruq, gedirik. Hər dövlət keçən 100 ildə, 100 ildə də yox, 75-80 ildə 150 dövlət düzəlibdir. 150 dövlətin gedib onların istiqlal məsələlərini oxumağa çalışırıq. Əgər 150 dənə dövlətin istiqlalını oxusaq dostlar, o otağı fikir oxusa, 150 dənə dövlətin təcrübəsi gəlib töküləcəkdir miz üstə. Bizim 150 dənə yaşanmış təcrübəni örgəşəcəyik. Biz 150 nəticəyə getmiş, sonuç tapmış fikirləri örgəşəcəyik. Eyni halda onların hərəsinin də yüzlər iştibah elədikləri də o kitablardadır. Yüzlər iştibah eləyiblər, amma o kitabdadır. Onları da örgəşəcəyik. O iştibahları da eləməyəcəyik. Yəni, diqqət buyurun. Məsələn, getdik, oxuduq ki, Əlcəzair Fransədən nə cür istiqlal alıbdır? Bəhreyn İrandan nə cür istiqlal alıbdır? Hindistan İngilistandan nə cür istiqlal, Kanada İngilistandan nə cür alıbdır? Amerika İngilistandan nə cür istiqlal alıbdır? Amerikançı qədimidir. Tazalara baxaq. Sudan nə cür istiqlal alıbdır? Yugoslaviya nə cür istiqlal alıbdır? Rusiyadan ayrılan 15 məmləkət ki, biri də Azərbaycanda, Ermənistanda, Gürcüstanda, Tataristanda, filandı, Bəhmanda, bunlar nə cür istiqlal alıblar? Bunları həm bu iki bir dənə nəticəyə yetişibdir. Yəni bir də o kitablarda oxuruq ki, bunlar bir nəticəyə yetişiblər, sonuca. Sonuc nədir? İstiqlalların qruplarda bir dənə yol tapıblar ki, çoxlu yollar gediblər, çoxlu iştibahlar eləyiblər, onlar da bu kitabdadır. Məsələn, fikir edin ki, 100 dənə iştibah eləyiblər, 100-cü yolları iştibaha getməyib, düz gəlib çıxdı hədəfə. Biz o 100 dənə ki, iştibahda onu da örgəşmişik, bu bir dənə də biz o 100 iştibahda eləməyəcəyik. Bu bir iştibaha da təcrübə eləmək imkanımız var. 150 dənə məmləkətin 150 dənə istiqlal yolu var ki, qazanıblar. Bu qazanan yolları biz də bəlkə keçsək qazana bilirik. Çünki qazanıb. Amma mümkün də o 150 məmləkətdə 1500 dənə də yol gediblər ki, zərər qoyublar. Biz onları getməyəcəyik. Çünki bilirik onlar, o millətlər bunları qoyublar, zərər görüblər. İndi diqqət buyurun, baxın elə buradan, bu günləri bunu baxın. Görürsünüz ki, əgər biz 150 nəfər adam olaq, 50 nəfər adam olaq, deyək ki, Həsən, sən gedəcəksən Əlcəzair, Sudan, Misr, bunları oxuyacaqsan. İnsaf Əli, sən gedəcəksən, məsələn, Suriyə, Ərəbistan, Kuveyt, bunları oxuyacaqsan. Qasım, sən gedəcəksən, məsələn, Azərbaycan, Ermənistan, Gürcüstan oxuyacaqsan. Sən gedəcəksən, məsələn, Yugoslavi, Bulqaristan, filan oxuyacaqsan. Sən də gedəcəksən, məsələn, Korəni, Çini, Hindi oxuyacaqsan, məsələn. İndi bir aydan sonra gəldik, dedik ki, 150 dənə burada fikir var. Bir ay, 2 ay fəqət bizim bu çəkəcək bu fikirləri bir-bir qoyaq ortaya, bunları bir-bir gələ tozih verək. Hər kəsin gələ deyək ki, tamam, Azərbaycan bu cür oldu, Ermənistan belə oldu, şey də belə oldu, Kürdlər belə oldular, Türklər belə oldular, Qibres belə oldu, Yunan belə oldu. Görəcəksiniz ki, wow! Biz yolları tapmaqda belə müşkülümüz var imiş. Amma o fikir otağı bizə nə göstərəcək? Deyəcək ki, tamam. Bizim gözümüzün qabağında 150 dənə müvəffəq təcrübə var. 1500 dənə də sınmış təcrübə var. İstiqlal elminin, dostlar, diqqət buyurun, görün nə deyirəm.
İstiqlal elminin payası nədir? 1500 dana sınmışlar, teoriler içi sınıflar, işler içi sınıflar, şikəst düşüblər, şikəstə müncərr olublar. 150 dana teori için ne olubdu? İstiqlala gedibdi. İstiqlal bir dana elm yarandı. Ne mənə? İstiqlal elmi. Mütəəssifانه bu heç danışqata tədris olmur. İndi mənim özümün zehnimə gəldi elə burada. Bu gün otağı fikirdə danışmağım çox gözəl oldu. Mənə özümə bir dana fikir gəldi. İndi bir dana elm yaranır, istiqlal yolu. Ya məsələn, yollar, istiqlala gedən yollar zəfər qazanmış və uduzmuş yollar. İstiqlala gedən yollar sınmışlar, şikəst yemişlər və zəfərlənmişlər. Baxın, indi burada görürsünüz bir dana elm çıxdı. Wow, mən indi diqqət edirəm, məsələn, mümkündür ki, 50 vahid dərs olar. 35 vahid, 40 vahid dərs olar. Və buradan bizim kimi millətə bu lazımdır. Yəni, belə bir elm yaratmaqdır bax. İstiqlala gedən yol. Bu yolların, bunları gediblər dünyada şikəst yiyiblər, adam ölübdür, amma bir nəticəyə çatmayıblər. Bunları da gediblər, müvəffəq olublar. Ondan sonra biz gözü bağlı gəlmərək, qandi deyə bizi alladalar, qandıralar. Fəaliyyət mədəni deyə bizi qandıra bilməzlər. Bəs dostlar, otağı fikir nədir oldu? İndi üçün istəyirəm qutaram, nəzərimə gəlir ki, mən dünənləri ömrümün ən böyük videosunu danışmışdım. 4 saat dünən danışmışdım. Axir internet kəsdi ki, 4 saat qutardı. 4 saat dünən danışmışdım. Bu gün istəmirəm o cürsə danışam. İstəyirəm şeylər 1 saat, 20 dəqiqədə qutaram geçsin. İndi də baxdım. 1 saatdan bir 7-8 dəqiqə azdır zahirən. Bu 7-8 dəqiqədə də qutarım. 1 saat olsun. Fikir otası nədir dostlar? Və biz bunu yaratmalıyıq. Hər kəs öz ailəsində, öz dostları ilə bir dana fikir otağı yarada bilər. Fikir otağı büdcə almaz. Alar ha, biz o mərhələdə dəyirik. Bizim dövlətimiz yoxdur ki, deyək ki, bizə sən büdcə vericindən biz burada məsələn bu məsələ haqqında fikir ortağında işləyək. Biz indi gönüllü işləyirik millətimiz üçün. Pul almırıq heç yerdə. Bunun üçün məsələn burada əlan otaqda 5 nəfərik. Mənimlə bərabər 5 nəfər adamıq. Bizim hərəmiz gedirik 5 nəfəri yığırıq dövrəmizə. Oluruq bir qrup, bir dənə otaq. İndi biri Fransadadır, biri Almandadır, biri Rusiyadədir, biri Türkiyədədir, biri də Təbrizdədir, hardadır, bu cürsə. Yığıldıq, deyirik ağa, biz istəyirik Güney Azərbaycanın istiqlalına gedən yolları, millətlər hansı yolla istiqlal tapıblar, onu tapaq. Gəlin, hərəmiz bir dənə kitab oxuyaq, həftədə bir dənə cələsə qoyaq. Hərə o həftədə neçə səhifə oxuyub, gəlsin, onu xülasə desin və bizə tozih versin ki, özü nə götürür. Görəcəksiniz ki, 2 aydan sonra orada yüzlər fikir çıxacaq ortaya. Yüzlər, o 5 nəfərdən. Yüzlər fikir çıxacaq. Çünki hər həftə danışırıq, deyirik, bu kitab bunu dedi, mən bunu sevdim, mənim nəzərimə bu fikir belədir, elədir. Bizim Güney Azərbaycanda ya İranda da belə və türklərin vəziyyəti belədir. Bizi bu yol beləsi alar, o bizə beləsi, bunu eləyə bilirik, bunu da eləyə bilirik. O da deyir ki, yox, bunda məsələn bizim Hindidə bu cür bir şeylə var, bizdə yoxdur. Məsələn deyirəm, misal vururam. Hindidə İngilistan hakimdir. İngilistanda bir demokrasi var. Hindilərin ruznamələri var idi. Orada hindilər xəbərləri yaza bilirdilər. İngilistanın parlamanında nümayəndələr onu oxurdular. Deyirdilər ki, tamam, burada biz qətl edirik, eləməyək. Amma İranda belə bir şey yoxdur. Bəs bu olmaz. Niyə? Çünki İngilistan azdan çoxdan özünü demokratik bilirdi. İran özünü demokratik bilmir. Amma məsələn, nə cür millətləri, müsəlmanları, sikləri, hinduları, İran
Allah bilənləri, öküzü Allah bilənləri, filanları yığışdırmışdı, hamısını bir millət eləmişdi. Hindili adında bunları ixtilafları var idi. Çünki sonra da bunlar partladılar. Məsələn, Pakistan özü bir dövlət oldu, ayrıldı savaşla. Neçə milyon adam bu savaşlarda həm öldülər, yaralandılar, həm də evlərindən qaçdılar. Yer yurtlarından qaçdılar. Dünyanın ən böyük köçü Hindistan, İngilistandan ayrılandan sonra üz verdi. Dostlar, bəs beləsi olur ki, biz hər 3-4 nəfər mövzunu müşəxəs edir. Mövzu, məsələn, biz, məsələn deyirəm, misal üçün, otağı fiş qurmuşuq, 4 nəfər, 5 nəfər indi yoldaşlarımız deyirik ki, gəlin görək biz nə cür təşkilatlana bilirik. Güney Azərbaycanda və türklər İranda nə cür təşkilatlana bilərik içəridə? Eşikdə yox. Eşikdə kafi qədər təşkilat var. İçəridə biz nə cür təşkilatlana bilirik? Gedək oxuyaq, görək təşkilatlar nə cür? Əvvəl gərək ki, təhqiq edək, görək ki, araşdıraq, görək ki, nə cür təşkilatlananlar? Həsən, sən getginən Güney Azərbaycanın, Qəşqaistanın, Türkmən Səhranın hizbilərin tapcınə, liderlərin tapcınə, onlarla müsahibə elə, onlarla danış, görək ki, nə cür qruplar hizbi? Hizbin nə cür qururlar? Nələr lazımdır bir hizb qurmaq üçün? Bir təşkilat qurmaq üçün? Görürsünüz, bir nəfər gedir, məsələn, deyir ki, sən get qədimi hizbiləri soruş. Sən də get taza hizbiləri soruş. Biri gedir Mücahidin xalqin tapır, ondan soruşur. Biri gedir Tudəni tapır, biri gedir Zəncibəranı tapır, biri gedir Xalq-ı Müsəlmanı tapır. Bu hizbiləri tapdı, bunlardan soruşur ki, bir hizbi necə qurmaq olar? Siz şah zamanı hizbi necə qurdunuz? Hangi fürsətlərdə, nə cür adamları dövrəcə yığdınız? Nə cür, hangi fikirlər əsasında qurdunuz? Nə cür əslən qurmaq olar? Görürsünüz ki, oradan bir dənə şey çıxacaqdır ki, hizbilərin təcrübəsi gələcəkdir. Dünənki bəhsimiz gələcək. Dünənki bəhsimiz nə idi? Məramnamə. Məramnamə gələcək. Biz biləcəyik ki, məsələn, bizə məramnamə lazımdır. Əsasnamə lazımdır. Ondan sonra heç olmasa 3 nəfər lazımdır ki, bir mövzuda, bir qonuda, bir təşkilatı yaratmaqda birləşələr. Sonra da bu 3 nəfər gərək bir-birini qəbul eləyirlər. Bu deyək ki, sən rəis ol, mən səni qəbul edirəm. 2 nəfər o birinci adamı ki, rəis seçirlər, onu qəbul eləyəcəklər. Üçüncüsü budursü, dördüncüsü budursü, beləsi təvafuqa yetişirlər, biz bərabər işləyəcəyik. Ondan sonra deyir ki, gedək kitab oxuyaq. Görək ki, Amerikada nə cürdür, Kanadada nə cürdür, Suisdə nə cürdür, Türkiyədə nə cürdür, Qibrisdə nə cürdür, Əraqda nə cürdür, Türkmənlər Suriyədə nə cürdülər, Kürdlər nə cürdülər, Ermənilər nə cürdülər. Məsələn, mənim nəzərimə təşkilatlardan biri ki, çox mühümdür, bilməli yox, erməni təşkilatıdır. Erməni təşkilatı tarix boyu çoxlu terrorlar eləyibdir və biz xəbərimiz olmayıbdır. Yəni, bilmirik. Dostlardan biri yazıb ki, sən Allah, təşkilatlardan danışanda adamın halı qarışır. Sayın Hidayət bəyim, çünki təşkilatlarımız bu 20 ildə heç bir çıraq hidayəti olmadılar. Doğru, düzgün təşkilat yoxdur. Fəqət camoh təşkilatı milləti. İndi bu dostumuz çox sağ olun, təşəkkür edirəm düşüncənizi yazdınız. Vətən adlı dostumuzdur. Gözəl. Yəni, nəzərinizi yazmışsınız. Dünənki bəhsə qeytərirsiniz məni. Dünən bu bəhsi eləmişəm, 4 saat çəkibdir. Çox gözəl bəhslərimiz oldu dünənləri. Mənim özümə də beyin fırtınası, elə indi bu günlər ki, beyin fırtınası gəldi, dedim, İstiqlal elmi. Dünənləri də orada elə beyin fırtınasında
mənim özümə gözəl fikirlər gəldi və ilham bəlkə də buna deyirlər. İlham da bəlkə buna deyirlər ki, adam bir sözü deyir, birdən zehnində bir çıraq vurur ki, biz istiqlal elmi yarada bildik. Bizim gələcək danışığımızda məsələn istiqlal elmi haqqında bir dənə lisans vermək olar. Yəni diqqət buyurun, bu qədər önəmli gəldi mənim nəzərimə. Ki adam istiqlal, məsələn buna deyirlər nəzəriyyə, məsələn farsça desək nəzəriyyə istiqlal, amma istiqlalçılıq düşüncələri bir dənə özü təşkilatdır. Amma indi dostumuz, vətən dostumuzun gəlsək sözünə, baxın dostlarım. Siz təşkilatları tanırsınız ya yox? Bu bir. Təşkilatların məramnamələrini oxumusunuz ya yox? 2. Təşkilatların içindəki adamlarla danışmısınız ya yox? 3. Təşkilatlar bilirsiniz işlərin nədir, nə cür işlərlər? 4. Təşkilatların düşüncələri, təşkilatlar nə üçün təşkilatlanırlar? Baxacaqsınız təşkilatlar nə üçün? Yəni amac üçün təşkilatlanırlar. Əgər bir təşkilat deyir, mən silahlanacağam, o silah toplamağa başlar. Əgər bir təşkilat deyir, yox, mən silahlanmıram, amma düşüncə sahəsində gəlirəm, o da düşüncə sahəsində işləyəcəkdir. Ondan sonra biz əgər bunları bilsək, tamam. Bilməsək necə? Ondan sonra görürük ki, təşkilat nə edə bilər? Məsələn, fikirlənin ki, mən bir təşkilatam. Siz əslində özünüz bir təşkilatsınız. Nə edə bilərsiniz? Əgər siz, mən gedib o təşkilata üzv olmasaq, onu deməsək ki, yüklərinizdən birazını da verin, biz çiynimizə alaq götürək, nə edə bilərlər? Məsələn, o təşkilat sənə deyər ki, sən mütaliə əhlisən, düşüncə əhlisən, sən məsələn Urmiyədəsən, Zəncandasan, hər yerdəsən, orada getkinə adamlara bizim məramnaməmizi tanışdır. Dərsdir. Yoldaşlarla getkinə dağa çıxın, adamlarla dost ol, dağa gedəndə danış, bunları yavaş-yavaş hizbin adını çəkmə, amma sən bunları de. Qoy insanların qulaqları taqqıldasın, qoy bəhs eləsinlər, qoy səni nəqd eləsinlər, filan bəhman. Yavaş-yavaş bu millətin içində yer açsın. Yox ki, sən deyəcəksən ki, təşkilat elədi, belədir. Bilirsən, bizim dostlar, bizim çoxumuz sizli mənli. Biz təşkilatlara İran təbliğatı ilə baxırıq. Onlar nə deyiblər, biz də onu qəbul eləmişik. Yəni biz müstəqil baxmırıq ki, bizim zehnimizdə olan qəzavətimiz hardan gəlir? Məsələn, mən özümü deyim, mən heç kəsi demirəm. Mən heç bir Azərbaycan ya Türk məmləkətləri var, 8 dana, 9 dana məmləkət vardır, Türk məmləkəti ki, hizbiləri var içində. Türkiyənin içində məsələn 20-30 dana hizbi var. Əgər iştibah eləməsən, bu son seçkilərdə, şəhər şurası seçkilərində Türkiyədə 50 parti, yəni hizb şirkət eləmişdi. Güney Azərbaycanın özünün 20-21 dana hizbi var, federalistlərdən sonra. Biz bunların hangisini oxumuşuq? Hələ deyirəm, Azərbaycan Cumhuriyyətində var, o birisi Türk Cumhuriyyətlərində var, fərqli olaraq Qibresdə var, Türkmənlər Əraqda, Türkmənlər Suriyədə hizbləri var. Amma biz bunların hangisini oxumuşuq, neçəsini oxumuşuq? Hizbin işi nədir? Bunu bilirik. Biz nə edə bilərik? Əslən onları bildik. Biz nə edə bilərik? Məsələn, dostlar, mən şəxsən İnsafəli Hidayət olaraq fikir edirəm ki, Azərbaycan türklərin içində 10.000 nəfər kitab oxusa, biri də mənəm. Yəni, çox kitab oxuyanlardan biri mənəm. İndi biraz az oxuyuram, təsadüf eləyəndən bu yüzden kitab çox az oxuram. Gen də az olsa bir 2 dana, 3 dana kitab oxumuşam bu 2 ildə. Minlər məqalə oxumuşam əslində. Minlər məqalə oxumuşam. Özüm də minlər məqalə yazmışam. Mən keçən 2 ildə fikir edirəm ki, 600-700 məqalə yazmışam. Keçən 2 il yarımda. Onu da o qədər də oxumuşam yəni. İngiliscə oxumuşam, ərəbcə oxumuşam, türkcə oxumuşam,
farsça oxumuşam, kitab oxumuşam. Məsələn, dünənləri, yox, keçən həftə Döştür Cəvad Miriye Minaq bir şey yazmışdı ki, bir tane Nəxşəbi adında bir adam vardı, müstəğar addı. Şah zamanı bu adam Təbrizdə olubdu, bir kitablar yazıbdı. İndi bilmirəm Azərbaycan zidlidir ya Azərbaycan nəfidir, onu bilmirəm. Amma yazmış ki, bunun fikirləri cəlibdir, oxumalı və nəqd eləməlidir. Mən o adamı tapdım, tez kitabların 8 kitabını download eləmişəm ki, bunları oxuyam. Çünki düşmənin də nəzərlərini biz bilməliyik. Məsələn, hər halda bunlardan çıxaq. Mən indi məsələn, amma hizblərimizin heç birisinin məramnaməsini oxumamışam, illa İstiqlal, Güney Azərbaycan İstiqlal Partisini. Çünki o fəqət mənə göndəribdi, ondan sonra heç mənə göndərməyibdi. Mən də axtarmamışam. Burası da var. Axı mən gərək axtaramda, onlar məni axtarmayacaqlar ki. Hizb sahibi gəlib məni axtarmıyor. O hizbi quranlar məni axtarmayacaqlar. Mən əgər bir yol axtarıram vətən üçün, mən axtaracağam. Deyəcəm, ya mən özüm yol tapım, ya da yol tapanların dalısıcan gedim. Mən məsələn bu təvəhhümə mübtəlayım ki, mən özüm yol tapıram, yol qoyuram. Belə bir təvəhhümüm var. Amma biri də mümkündür, məndən ağıllı ola deyə ki, axı, mən yol tapamıram, təhcanla da işləmək olmaz. Gedək biz bu hizblərin biri ilə işləyək, görək nə deyirlər, nə demirlər. Gedək əsasnamələr, məramnamələrini oxuyaq, görək bunlar bizə nə düşünürlər. Deyirlər, biz Azərbaycanda nə edəcəyik? Türk millətində nə edəcəyik? İndi nə etməlidir? Axı, hizb indiyə bir iş görə bilməsi, dostlar. Hizbi ki, opozisyondur, vətəndən də xaricdədir, indi heç iş görə bilməz. Onun işi nədir? Hizblərin işi budur. O mərhələdə fəqət insanları ayıldaq, gəlsinlər, bilsinlər, haqları var, hüquqları var, dilləri ayrı, dinləri ayrı, məzhəbləri, vətənləri ayrı, dövlətləri ayrı, hakimiyyətləri ayrı, müstəmir olublar, işğal olublar, bunları öyrəşsinlər. Ondan sonra da bir zamanda savaşa keçəndə hizb deyir ki, mənim məsələn 1000 dənə adamım var, 5000 dənə adamım var, 50.000 dənə adamım var, silah götürür. Məsələn, mücahidlər İran inqilabından sonra, 57-dən sonra sürətlə ruznamə çıxartdılar filan, bəhman, milləti çəkdilər, cavanları çəkdilər özlərinə, lazım olanda dedilər, silah götürürük, silah götürdülər. Getdilər, padğanları boşaltdılar, silahları getdilər, gizlədilər, sonra da Cumhur İslami ilə savaşanda silahı götürdülər, sonra da zorları çatmadı, Əraq bunları qətlam edildi, getdilər Əraqa. Dedilər ki, biz savaş üçün köçməliyik, köçdülər Əraqa. Niyə Əraqa köçdülər? Həm mərzidə idilər, yaxın idilər, eləyə bilərdilər, İranla savaşsınlar, həm də Əraq İranla savaşırdı, silah verirdi bunlara, yemək verirdi, işmaq verirdi, paltar verirdi, filan verirdi. Getdilər ora. İndi İranın gözü ilə baxanda deyirik ki, o, mücahidin xalq. Mən də deyirəm bunu. Amma bu tərəfdən də baxaq. Ki, onlar Cumhur İslami ilə mübarizə edirlər. Əyri, doğru mübarizə edirlər. Silahlı savaşırlar, canlarını qoyurlar ortaya. Amma biz kimin gözü ilə qəzabət edirik mücahidləri? İranın, Fars hakimiyyətinin, mollalar hakimiyyətinin zehniyyəti ilə onları qəzabət edirik, məhkum edirik. Mən özümü deyirəm. Mən mücahidlərə əgər məhkum eləmişəm indiyəcən, görürəm ki, mən bu məlumatı hardan almışam ki? Özdə mücahid demirik ki, onlar da deyirlər mənə, münafiq. Yəni, mənim o kültürlə danışıram ki, beynimi yuyublar, mən İran Farsı mənim zehnimə bir fikir doldurub, mən də ondan danışıram. İran Farsı deyir ki, Azərbaycan, yəni burada yenə İran Farsının bizim içimizdə olan casuslar bunları bizə deyirlər. Azərbaycan hizbləri xiyanət eləməkdən sonra bir iş görməyiblər ki. Nə iş görüblər? Nə iş görürlər? Heç kəs demir ki, hizbin işi nədir, nə görər, nə iş görər? Heç kəs demir ki, gedək görək hizblər, əvəzin ki, o sualı soruşaq, deyək ki, hizblər xiyanət ediblər, gedək görək ki, hizblər neyniyə bilərlər, neynirlər? Əslən, nə istəyirlər? Hizblər istərlər bir şeyi. Yəni, deyərlər ki, biz istəyirik Azərbaycan müstəqil olsun. Biz istəyirik müstəqil Azərbaycan federal idarə olsun. Biz istəyirik müstəqil Azərbaycanda, məsələn, Türkiyə ilə, Azərbaycanla, Türk dünyası ilə birləşək. Biz istəyirik fəqət Azərbaycanla birləşək, vahid Azərbaycan. Biz istəyirik
Azərbaycan, vahid Azərbaycan məsələn federal olsun. Məsələn deyirəm. Məsələn, biz istiyoruz biri də deyir, dilimiz məsələn Latin əlifbası ilə olsun. Biri deyir, biz istiyoruz dilimiz məsələn Kiril əlifbası ilə olsun. Biri deyir ki, biz istiyoruz dilimiz Ərəb əlifbası ilə olsun. Biri deyir ki, bizim məsələn bilmirəm ha deyirlər, bunları özümdən deyirəm. Məsələn, biz İranla istiqlaldan sonra İranla eləyə bilirik konfederal olaq. Məsələn, sən baxırsan bu hizblərdən birini seçirsən. Məsələn, mən bilmədiyim üçün, çünki məramnamələrini görmədiyim üçün deyə bilmirəm kim nə istəyir. Amma dostlar, birinci budur ki, biz hizbləri tanıyacağıq. Baxın, indi gəlin bu işi görək da. İndi beyin fırtınası eləyirik. Otaqdan danışırdıq. Otaqdan dostumuz belə bir söz çıxartdı. Bunu danışaq, sabahlarda bu hizblərə görə danışaq. Bəs. Əgər ömür olsa və sabahları müşkül gəlməsi qabağa gələ bilsəm, partilərə görə danışaq, Azərbaycan partilərinə görə. Burada bir-bir gedərək veb saytlarına, axtarırıq, veb saytlarını taparıq, görürük məramnamələri var ya yox. Yəni, bir yerdən işi başlayaq da, elə bilək ki, indi biz bir dana fikir otağı düzətmişik. Mənəm, bir də burada gələn dostlarımız, qardaşlar, bacılarımızdır. Gələk bu fikir otağında görək ki, bizim neçə hizbimiz var. Əslində cəlibdir, bu işi görək. Olmasa mən yavaş-yavaş tərəfə gedim. Yəni, yenə burada özüm beynimdə beyin fırtınası yaratmağa çalışıram. Məsələn, ola bilər ki, mən burada bir bərnamə qoyam, elə bu bərnamə. Adını da qoyaq fikir otağı. Bunun da adını qoyaq fikir otağı. Ya fırtına, beyin fırtınası. Cəlib gəlir mənə. Beyin fırtınası qoyaq, qoyun yazın mən bunu. Adını qoyaq beyin fırtınası. Mən özümə bir məsuliyyət götürüm da. Yəni, istiyoruz ki, deyək, hizbi şeydir. Eydad, bidad. Elə bir ki, mən dəyişdirdim, yox, dəyişdirmişim. Tamam. Mən burada yazdım. Beyin fırtınası. Tamam. Beyin fırtınasını yazdım, bura ki, yadımdan çıxmasın. Gözəl adı olacaq. Beyin fırtınasında neyniyək? Olmasa, mən bu işi görüm. Partilərin, liderlərin çağıraq bura. Güney Azərbaycan və Türk qəşqailərin də, türkmənlərin də. Liderlərin bir-bir çağıraq bura. Deyək, gəl bura. Bizə de görək, sən nə istəyirsən? Sizin məramnaməz var ya yox? Hardadır? Verin, biz baxaq, oxuyaq. Özlərindən də istəyək, bir xülasə bizə desinlər ki, hizb neynir? Onların hizbi nə iş görür? Neynəməli? Hizb əslən yanı nə mənə? Parti yanı nə mənə? Əgər dostlar müvafiqsiniz, aşağıda yazın ki, müvafiqsiniz belə bir fikrə. Biz beyin fırtınasından lağəl bugün belə bir şey çıxadaq ortaya. Getirək Güney Azərbaycan və Türk dünyasının, midyasının, üzr istəyirəm, partilərin yavaş-yavaş dəvət eləyək, burada tanışdıraq, biz tanışaq. Məsələn, gözəl bir şey olar. Dostlar, əgər hər kəs də hazır olsa, mən bunun da üstündə işlərəm, hər kəs də hazır olsa, gələk, deyək ki, hərə bir məmləkətin istiqlalı haqqında yazılan kitab oxusun. Sonra gəlsin onu bu proqramda məsələn, 2 cələsədə, 1 cələsədə, 2 cələsədə, 3 cələsədə xülasə olaraq bizə desin ki, bu millət hansı yolları gediblər? Səhvi gediblər, yanlış gediblər, xətaları olubdur, şikəst yiyiblər, xəzinə çox veriblər. Amma bu, məsələn, istiqlala gedən yolda bu yolla gediblər, istiqlal alıblar. Gözəl bir, sağ olun, müvafiqəm, var olası vətən dostum, fədai, bəli, sizdən sonra hələ feylən yazan görmürəm. Aha, Sahabəli də yazdı. Sağ olun Sahabəli, təşəkkür edirəm. Muvafiqəm. Çox gözəl. Bəs dostlardan əgər qalanlarda olsa, yəni bu işi görək. Bizim bayaqlar dedim, savad olmağa bağlı deyil.
Bu ikinci dostumuz mənə o sözü yazdı və bu iki mənim zehnimə gəldi ki, o sözdən, yəni vətən dostumuzdan yazdığından mənim də zehnimə gəldi. Biraz danışdım, dedim ki, bu işi görək, məsələn, partilərin liderlərini çağıraq, deyək ki, siz nə deyirsiniz? Hə, tamam, göndərin, gəlsin, çağırıram, danışarsınız. Vətən dostumuz istəyirlər gəlsinlər üstə. Tamam, hər zaman gəlsəz sevinərəm. Təşrif gətirin, danışaq və gedək qabağa. Amma dostlar, bizim bir dənə şeyimiz var, problemimiz var. Bizim bir dənə problemimiz var. Problem budur ki, biz bilmirik ki, partilər bir iş görürlər, görmürlər. Yazıb ki, bəli, əslində təşkilatının şəffafsazidir, gərək ola. Tamam, bu da gözəl söz. Vətən dostumuz yine bunu yazdı. Baxın dostlar, bizim zehnimiz İranda tüm şeyin altında qalmışıq, işğalın altında, baskının altında qalmışıq. Bizim zehnimiz etiraz zehnidir. Biz əslində istirik Farslara, İrana etiraz eləyək da. Üsyan eləyək. O üsyanı Farsa yox. O üsyanı İrana yox. O üsyanı polisə yox, ittilata yox, bəsicə yox, paslara yox, molliyə yox. Onu özümüzə eləyirik. Eyni olacaq. Hizblər nə iş görüblər? Xiyanətdən sonra bir şey. Belə bir şey yoxdur. Biz İran ədəbiyyatı ilə bir-birimizlə danışmamalıyıq. Biz bir-birimizə yetişəndə hörmətli ədəbiyyatını danışmalıyıq. Təşəkkür ədəbiyyatı ilə. Zəhmət çəkiblər ha. Bir dənə təşkilat, biz burada adam tutamırıq, adam çalışır, bir təşkilat düzəlsin. Adam çalışır, 4 nəfəri bir yerə yıxsın. Baxın, bu özü böyük bir işdir. Biz 4 nəfər, belə burada heç kəs öz adı ilə gəlmir. Bu otağa heç kəs öz adı ilə gəlmir. Biz bunları nəqd eləyək. Niyə axı? 4 nəfər adam bura gəlmir. O hizbi niyə nəqd eləyək? O çalışır 4 nəfəri yığa bir yer təşkilatlandıra, beyin fırtınası yarada, onlara məlumat verə, onları vətən üçün, millət üçün hazırlaya, onları gedib düşməni öldürmək üçün hazırlaya, onlardan general düzəldə, onlardan ustandar düzəldə, onlardan fərmandar düzəldə, onlardan bəxşidar düzəldə, onlardan nümayəndə düzəldə, onlardan dövlət kabinə üzvləri düzəldə, vəzirləri düzəldə, onlardan ordunun, ittilatın başı, bədənəsi düzəldə. Biz bunları bilməyə. Yəni mən ciddi halətdə bu İran ədəbiyyatı ilə niyə biz danışırıq? Niyə etirazımızı İrana yox, Farslara yox, bir-birimizə eləyirik? Niyə bir-birimizi küçüldürük, məhkum eləyirik? Deyəndə ki, filankəs deyirlər, biz o da işləsin, bu da hamı işləsin. Hamı gəlsin, işləsin Azərbaycan üçün. Mən dünən dedim, Azərbaycanın bir gözəl ittifaq düşüb Azərbaycan dostlar. O da budur ki, 2000-əcən bizim filsufumuz olacaq gələn 10 ildə, 10-15 ildə. Və bu tarixi dəyişdirəcək, insanlıq tarixində düşüncələri dəyişdirəcək. Bizim onlar təşkilatımız var ki, indidən bir-birlərini riqabət edirlər. Riqabət dostlar, buna görədir ki, məsələn, taza bir fikir gətirir ortaya. Taza bir yol gətirir ortaya. Deyir, məsələn, bu işi bu cür eləyəcəm, sən ayrı cür eləyirsən, mən qəbul eləmirəm. Ayrılır, gedir özünə bir hizb qurur. Bəs dostlar, baxın, bugünkü otaq fikri danışdığımızda bir dənə fikir çıxdı ortaya. Yəni, neçə fikir çıxdı? İstiqlal haqqında təhqiqat eləmək olar. Nümayəndə kimdir? O haqda təhqiqat eləmək olar. Hizblər nə iş görüblər, nə istəyirlər? Bu haqda təhqiqat eləmək olar. Məsələn, mən özüm məsuliyyətimi bunu alıram öhdəmə ki, eləyə bilirəm bunların hər gün birini gətirəcəm bura. Hansısı gəlsə. Və burada tutaq sorğuya. Mən rəhm eləmirəm. Mən Döhdür Sehriqanini o zaman ki, istəyir gəlsin məclisə İranda kandid olsun.
Çağırdım, gəldi. Mən bir Əhrar adında bir həftəlik var idi. Onun sərdəbiri idim. Çağırdım, gəldi ora. 2 dənə yanında şey var idi. Qoruması. Dedim ki, bunları əvvəl sal eşiyə. Vurma, mən burada səni vurmayacağam, sən də məni vurmayacaqsın. Bəs qorumalar getsin eşiyə. Ondan sonra dedim ki, mən sizi döhtür tanımıram, siz də məni. Biz ikimiz də bir səviyyədə, sizin adınız Mahmud Əli Sehriqani, mənim də adım İnsaf Əli Hidayət. 2 dənə adam otururuq danışaq. Biz bu cürsü, yəni mən orada məsələn heç kəsə hamıya hörmət, hamı sayğılı, hörmətli insanlar. Başımız üstə yerləri var, zəhmət çəkirlər, zəhmət çəkiblər. Zəhmət çəkirlər. Amma bu proqrama gələndə biz burada da adamların ləqəbi ilə oynamayacaq. Döhdür, filan, bəhman. Yox, bunlar yox. Sənin adın nədir? Mənim adım Həsən Hüseynzadə. Həsən Qasım. Kompüter. Mənim adım kompüterdir. Xoş gördük kompüter. Xoş gəlmişsiniz. Bizim burada sözümüz budur. Sizin bir partiniz var. Var. Adı nədir? Adı Monitordur. Monitorun bir amacı var. Amacları nədir? Amacı var. Var. Nədir? Susadılar. Biz hardan bilək sənin amacın budur? Dəyişdirməyəcəksən. Yazılı bir şeyin var? Var. Lütfən onun linkin ya görsədin bizə kağızın görək adı nədir? Nə yazmısınız? Manifestiz var, məramnaməz var, yol xəritəsi. Bunların hamısı birdir. Yol xəritəsi var, düşüncəzin mətni var. Biri deyər, hə, mənim varımdır. Tamam, götürürük nədir? Biri yoxdur, ya sən nədir bir partisən ki, sənin məramnamən yoxdur. Da burada dostlar mənə deyə bilməz ki, sən niyə bunu deyirsən, ya bunu niyə demədin? Tamam, dostumuz bir şey yazıb, onu istəyirəm görüşəm. Sayın Hidayət bəyim, ay. Mənim bu vurdum da getdi aşağıya da, ya biraz çətinə düşdüm. Yuxarıya gətirsəz, yaxşı olar. Gərək request verəsiz, əgər iştibah eləməsəm. Bir dəqiqə mən görüm bu request əgər vermiş olsanız, burada bir var, görüm o bir nədir? Tamam, gördüm, tamam. O, beləsi, mən sizə zəng vurdum, dostum, bağışla, beləsi olmayacaq. Siz gərək istəyəsiniz, mən sizə gərək zəh vurmayam ki. Siz gərək request verəsiniz, mən də requesti qəbul eləyəm. Onun üzründə təşrif gətirəsiniz və danışaq burada bərabər. Yəni, bəlkə bilmirəm, bunun ayrı bir yolu da ola bilər ki, görək, onu da bir imtihan edək, görək ki, o cür bir şey ola bilir ya yox. Go live with vətən. Okay, görün, buradan gəlmək olar. Mən bunları bilmədiyim üçün görək ki, sizi gətirə bilirəm ya yox. Yəni, təcrübə edirəm, mənim bu birinci dəfəmdir, amma örgəşirəm. Yəni, örgəşim və birdən bu liderlərimizi gətirsək, elə bu yolla gətirərik da, yəni beləsi örgəşək bunu. Amma zahirən gələ bilmədik, çünki mən buradan da çağırdım, olmadı. Vermişim request. Mən 2 cürə istədim, bunu bildiyim yollarla getdim, sizə request gəlmir mənə. Request gəlmir, çox da çalışıram, yəni. Bir də var, mən sizin də əlan, buradan adınızın üstündə buranda go live deyir, yəni mən sizə eləyə biləm, çağıram, gətirəm. Bura və burada da deyir ki, go live with vətən, yaxşı, vətənlə gedək. Mən indi sizə buradan çağırdım, amma siz indi orada ala bilirsiniz, alanmırsınız, gəlir, gəlmir. Bu ikinci dəfədir. Bir dəfə də zəng vurdu mən sizə, onu da gördüm. Hər halda. Salamlayıram bütün Azərbaycan xalqına, hər vaxtınız xeyirli olsun. Əziz öyrəncimiz və öyrətmənimiz Sayın İnsaf Əli Hidayət bəy. Təşkilat önərindən çox gözəl danışdınız. Sevgilərimiz sonsuz. Baxın, təşkilatlarımız əsasən neçə ildir bir durumda durublar. Gözəl buyurdunuz. Yəni təşkilatlarımız
diqqət eləsəz, bir-biri ilə düz demirlər. Biz birincisində etirazata, raksiyaya, çağırışa, bağırışa, hay-havara düşdüyümüzə bunlar birləşdirək. Gələk görək bunların sözləri, son sözləri nədir? Sonradan gələk bir dənə bəyaniyə ataq ortaya ki, millətimizi çağırıq raksiyaya. Misal, geçən il Şəhrilərin 5-də güclü bir çağırış oldu Urmu gölünə xatir. Tanınmış təşkilatlar bunun üzərində dayandılar və bunu qəbul eləmədilər. Dedilər, bu çağırış, bu fəraxan yanlışdır. Burada çıxsaz eşiyə kütlərin çağırışıdır. Oradan getdi, tamamilə millətin əli soydu. İkincisi də, indi milli hərəkatın içində və içərisində olan liderlərimiz və tanınmış milli fəallar ki, hər kəs 10 nəfər yığıb öz evində toplanır və orada danışıq edir. Ayrılıq düşüb bunun içində. Bilirsən, hər kəsin indi nəzəriyyəsi ayrı cürədir. Yəni, ayrı baxışdan baxırlar təşkilata. Bilirsiniz, siz indi deyirsiniz, məsələn, gəlin bu təşkilatları tanıyaq, kimdir, kimdədir. 20 ildir millət bunları tanıyır. Bəli, heç bir çıraq yolu biz görməmişik. Biz də yanaqlıyıq, gözəl təşkilatımız olan millətimizin, xalqımızın, gələcəyimizin və bağımsızlığımız üçün millətimizə can yandıraq. Hələ yoxdur, hansı təşkilatı dindirirsən, tökülün xiyabana, çağırış, bağırış, hay, havar, dağıdır. Qardaş, bunlar iş yola getməli deyil, əziz insan. Biz istəyirik təşkilatlarımız yazsın, burada şəffafsazı eləsin, bir təşkilat olsun, millət ona inancısı olsun və o təşkilatın üzərində millət onun yönətimi ilə, onun planı ilə, onun konusu ilə qabağa yürüsün. Hal-hazırdakı tanıyan təşkilatlarımızdan bir dənə, yəni birisi var ki, haysiyyətsiz çalışır və doğru düzgün qabağa gedir və millət və Güney Azərbaycan xalqı onu təmsilini bilir və onun üzərindədir. Mahmud Əli Kehriqani bəyinçidir. Hala işim yox, sizin ondan keçmiş zamanlarda probleminiz var, yazadınız var, öz aranızda. Siz də bizə hörmətlisiniz, Sayın Mahmud Əli Kehriqani bəydir. Yaxşı, bəli, indi də baxırıq, yəni millət inancısını əldən veribdir. Yəni biz istəyirik həqiqi bir təşkilat üzə çıxa və milləti gələ, çağıra doğru düzün Güney Azərbaycanın yoluna. Budur mən üçün. Ya bütün millət üçün. Bəli, baxırıq ki, aman təşkilatların heç birisi yəni doğru düzgün hərəkətə çağırmırlar. Təşkilatların özü rahatlıqla otururlar Monikdə, oturuşda, Almanda, Amerikada bəyaniyə verirlər, xiyabanda çıxırlar, Güney Azərbaycan bayrağını da keçdirlər. Bəli, biz Güneydə milliyyətçi sinəsini sipər edir xiyabanda güllə qabağına. Milliyyətçiyə bu zor gəlir. Milliyyətçi özü ailəsi təhlükə yaranır. Milliyyətçi edə bilmir. Yəni xiyabanlarda raksiya keçirir, etirazat keçirir. Nəzərinizdə rahatlıqla gəlir və aman içəridə Güney Azərbaycanda baskı altındayıq. Əgər baskı altında olmasaydı, biz də şəkilli sizdən burada rahatca konulaşardıq, danışa bilərdik. Amma bizləri də və bütün milliyyətçiləri də gələk bir dərkə sayıla və bunların və bütün milliyyətçilərin də intizarı budur. Baxışları sizlərdən budur ki, və özünüz də gözəl işarə elədiniz bu plana, bu bərnaməyə. Yəni, milliyyətçilər təhbətək gəlsinlər buraya, təşkilatların bütünü gəlsin buraya, siz onları çağırın, danışsınlar, görək bunlar dərdi nə mənadır? Haçan biz doğru düzgün yola göstərəcəklər? Budur, məncə bu qədər. Sağ ol, təşəkkür edirəm dostum. Əgər çıxa bilsiniz, yaxşılar. Çıxın, mən çalışaram ki, sizə mən də fikirlərimi bildirim sizin fərmayişlərinizin əsasında. Siz istərsiniz çıxın, mən nə deyirlər? Bu haqda danışım. Ərz edeyim ki, dostlar. Buyurun. Bir də imkanı da olsa, Güney Azərbaycanın içində olan milli fəalları Moritdə danışasınız ki, indi Ərdəbil ayrılıbdır Təbrizdən, özünə ayrı bir hezbidir, yaxşı. Ərdəbilin özündə bizim milliyyətçilərimizin arasında təfrəqə düşübdür. Hamı da yaxşı tərbilir, ad gətirmək olmur. Birisi 100 nəfər yığır evində toplanır, bu olubdur. Şəkil salırlar filan kəsdən Instagramda, sayfalarında follower yığırlar. Yarısı Təbrizdədir özünə, yarısı özünə və bizim xalqı çəkiblər yarısını traktor oyununa, yarısını çəkiblər şəkil salmaq oyununa, yarısını çəkiblər Ərdəbil tərəfinə. Yəni, baxsaz, özəlliklə yarısını çəkirlər sandıq başına. Əslən, bir istiqlaliyyətçi olaraq biz bağımsızlıq istəyirik.
biz gələ heç vaxt sandıq başına getmiyor. Biz təkcə bir şey sandıq başına gedərik Güney Azərbaycan bağımsızlığına ki, bizi dünya xalq beynəlmiləl bizi tanıyor, onda gedər sandıq başına. Gəldilər bir plan qoydular ha, filan Kürt çıxdı, filan Türk qaldı, hamını bu seri sahələ çəkdilər oraya. Milliyyətçi var, böyün deyir ha, mən razıyam İrana həmlə eləyərlər, İrana hücum eləyərlər, səhərsi baxsan paylaşdıq, İran burada İsraili hay-ha var. İçəridə yəni olan milliyyətçilər də şaşıblar, bilmirlər, nə iş görürlər. Sözün açığını deyirəm, bax, yəni hər kəsdən narahat olsa, yəni üzürlü saysa mən sözün açığını deyirəm. Yəni burada olan milli fəallar, içəridə olan milli fəallar hamısı şaşıb, bilmir nə iş görür. Yəni sözün açığı budur. Bunlar da gəlir hamısı bu təşkilatın üstünə. Təşkilatlarımız birincisindən doğru düzgün yürüsəydi qabağa, yaxşı doğru düzgün planları olsaydı, doğru düzgün şəffafiyyəti olsaydı, millətlə ayna bərabər danışsaydı, millət indi bu yaman günə qalmaz idi. Elə hər kəs oturur deyək, qardaş, Güney Azərbaycan bağımsızlığı, qardaş, bağımsızlıq 1 kilo badımcan dəyək, pomodor dəyək, bunu dükanına alıb gətirsən, ki, bu bağımsızlıq. Buna xəzinə istəyir, buna qan istəyir, zindan istəyir, ailəsi istəyir. Böyük bizim şəhidlərimiz bu yolda gedib, şəhid mühəndis Qulam Rza Mani bəy olsun ya, böyük bizim milliyyətçilərimiz bu yolda gediblər. Hansı təşkilat bu gün deyibdi? Hansı təşkilat bu gün deyib, bu doğru düzgün yolda siz gedin qabağa. Bizi yaman günə qoyan içəridə olan bu təşkilatlar da və bir də indi həman təşkilatın əməllərini içəridə olan milli fəallar eləyirlər. Lider sazı eləyiblər, hər kəs özünə, bir ara hər kəs özünə bir bayraq götürür, gedir, Urmu gölünün qabağına bağırır, oradan falover yığır. Bir ara buradan 5 nəfər o yığıb Ərdəbildə başına kek təvəllüd pişiribdi, portaqal qopqabağına bir saz alıb əlinə özünə Azərbaycanın marşını oxuyur. Bu yan tərəfdən 70 nəfər əlinə bir traktor bayrağı alıb, qardaş traktor deyirsiniz, yaxşı, indi bu licdədi deyirik, nə topdur, nə qoldur, traktor milli yoldur. Bu səhər getsin, Allah şahid dəstə doya, suqut eləsin aşağıya, heç bir nəfər sənin də stadyumda tapanmayasın. Nə milli yol vardı, onda nə milli top vardı. Gətiriblər milli hərəkatı, bir gün gətiriblər topa, bir gün gətiriblər sandıq başına, bir gün gətiriblər filankasın evində Ərdəbildə portaqal yeməyə. Deyəndə də oruq satqın. Ürək sözümüzü açanda milli hərəkətə və xalqa oluruq satqın. Deyirlər, tohin etdik. Vallahi bunlar həqiqətdir. Üzürlü Sayman Beyaz bağlı. Sağ olun, təşəkkür edirəm. Təşəkkür edirəm ki, bizi buraya təhammül elədilər. Hər vaxtınız xeyirli olsun. O gün olsun, Azərbaycanın gələcəyi olsun və bizim xalqımız anlaşıb üzərində öz kültürünə, bağımsızlığına və kimliyinə qayıtsın. Yaşayasınız. Sağ olun, var olun. Hər vaxtınız xeyirli, sağ olun. uğurlu olasınız. Təşəkkür edirəm. Yaşasın bütün Azərbaycanın qeyrətli xalqı və şərəfli milliyyətçi fəalları. Var olasınız, yaşayasınız. Sağ olun əziz dostum, sağ olun. Mən də bu qədər, yaşasın. Sağ olun, sağ olun. Siz özünüz çıxsaz, çox xahiş edirəm, özünüz çıxın da mən burada eləyə bilmirəm sizə şey eləyəm. Ərz eləyim ki, baxın dostlar, bizim bugünkü bəhsimiz fırtına idi, otaq fikir otağı idi. Amma bu fikir otağında da dostumuz qəşəng gəldi bir söz danışdı. Dərddən nalə eləmək çox rahatdır. Davad eləmək, əlac eləmək çətindir. İşləməmək çox rahatdır, işləmək çox çətindir. Partilər, illər, əvvələn baxın dostlar, niyə bizim 20-dən çox təşkilatımız var, siyasi təşkilatımız var? Buna görə ki, 20-dən çox düşüncə var. 20-dən çox proqram var. 20-dən çox lider olan var. Və bu yaxşıdır, pis deyil. Yəni, bizim bir hizbimiz olsa, biz şikəst yiyərik. Çünki yəni, bu məmləkətdə, bu millətdə bir dana düşüncə var, bir dana fikir var. Və bu fikir bizi sınsa, sınarıq. Amma bizim 20 dana fikrimiz olsa, 20 dana da özün lider bilən olsa və o təşkilat hərəkət eləsə, biri də sınsa 19'u var. İkisi sınsa 18'i var. 5'i sınsa 15'i var, 16'sı var. 10'u sınsa 11'i var. 20'si sınsa 1'i var. Diqqət buyurursunuz. Tənəvvü təşkilatlarda vaqei tənəvvü, mən demirəm nə qədər vaqeidir, çünki tanımıram. Bu bizim inkişafımızın sözüdür. İnkişafımıza görədir. Heç vaxt intizarınız olmasın ki,
bu cürbəcür partilər birləşə bilərlər. Çünki yəni bu iki nəzərlərin qoyalar qırağa da, 20 dana nəzər qoya qırağa gələ deyə mən 21-ciyə yapışıram. Hər qədəmə sankisi olur olsun. Yəni 20 dana fikir qoyaq buxçuya, bağlayaq alsın, qoyaq sandıqxanaya, biri ilə gedək. Əgər o sınsa biz nə etməliyik? Bir bu. Bu iki ittihad ola, ittihad olmaz. Amma iş birlik ittihadla fərqlidir. Məsələn, istiqlalçıların hamısı eləyə bilirlər. Deyər ki, filan gün biz yetişirik. Onda gərək, bilirsiniz, bəzən də bizim partilərimiz bəyaniyyə vermirlər. İçəridən bəyaniyyə verirlər. Deyirlər, eşikdən də sizin. Eşikdə bu 20 dana hizbin gərək vaxtı ola, oturarlar, bir-birlərindən danışarlar. Buna bir 2 həftə vaxt istəyir ki, bunlar yığışarlar, bir yerdə danışarlar, deyirlər ki, biz bu hədəflə, amacından çıxacaq filan yerə. Yoxsa bu günlər deyirlər, sabah çıxın eşiyə, 5 gündən sonra çıxın eşiyə, hizbilər hələ bunu bilincən, əllərinə gəlib yetişincən, filan bəhman iş qutardı getdi. Heç kəs bilmir nə hədəfə çıxır, kim çıxır, kimin oyununa çıxırlar. Yəni bunu parti eləmir ki, bəzən. Məsələn, mən buradan eşitməmişəm, sən bir dana partilər, məsələn, Azərbaycan siyasi partiləri, cibhəsi var. Bir dana da İran istiqlal partilərinin cibhəsi var. Məsələn, mən eşitməmişəm, bir dana cibhə deyə ki, biz cibhə adına milləti çağırırıq eşiyə. Bir də hər hizbi çağırsa, mümkün də o birisi hizbilər gəlməyələr. O hizbin adamları gedir ora. Fərqi hizbilərin budur. Bir dana bərnaməyə mümkündür fəqət bu hizbi çağıra. Qərar deyil, hamı hizbilər çağırsın. Bir dana hizbi deyir ki, bu gün gedək Urmuc gölünə. 19 danası deyir ki, biz getmirik. Bu dəlillə getmirik. O dəlillə getmirik. Əslən getmirik. Biz istəmirik bu gələk. Biz keçən həftə demişik, millətimizi, tərəfdarlarımızı yormuruq. Mütəvəccüh olursunuz, nə arz edirəm? Bu hizblərin, hər hizbin özünün bir siyasəti var, bir proqramı var, bir yolu var, bir xəritəsi var, bir məramnaməsi var. Bir siyasətləri detaylı var. O, hər hizb öz yolu ilə gedir. Mümkündür, bu hizb buradan gedir, mən buradan gedirəm, o da oradan gedir. Əslində yollarımız bir-birini kəsişmir. Ola bilər ki, əməkdaşlıq eləyərlər. Bir-birinə farsça həmkarlıq deyirlər. Əməkdaşlıq eləyərlər. Yəni deyərlər ki, tamam, bizim indidən bir ay vaxtımız vardı, gəlin çağıraq, biz bir dana bəyaniyyə verək hamımızın adına. Bunu da görmüşük. Məsələn, mən bəzilərində görmüşəm, filan şeydə 3-ü, 4-ü, 5-i yığışıblar, bir dana bir bəyaniyyə verib, amma qalanlar verməyib. Çünki o 4-ü eləyə biliblər, əməkdaşlıq eləyərlər. Sizin intizarınız olmasın, hizblərin hamısı bir cür hərəkət eləsin. Onda bir hizb olmaz, hamısı onlar bir. Niyə ayrılıblar, niyə ayrı hizb qruplar onlar? Elə gəlsinlər bir iş. Əlbəttə, mən şəxsən, İnsafəli Hidayət olaraq, mənim şəxsən istəyim budur ki, istiqlal partilərinin hamısı birləşsin. Amma fraksiyon olsunlar. Məsələn, cibhə kimidir, elə adı cibhəyə Azərbaycan İstiqlal cibhəsi. Əlbəttə, o bir dənə hizbidir, yəni cibhə deyil. Çünki cibhə dedik, yəni budur. Məsələn, bir dənə 19-unun 21 dana 21-i də gəlir bura deyir biz hizbilimizdə qalacağıq, bir-birimizdən ayrıyıq, amma iştirak eləyəcəyik. Bir dana iş görəndə hamımız bərabər onda, məsələn mən də olacağam. Baxaram, mənim də siyasətimin cür gəlsə mən də qatışaram. Ya məsələn deyir ki, bu 10 dana məsələdə biz bərabər hərəkət eləyə bilirik. Məsələn deyirəm, istiqlal, Azərbaycan istiqlal alına qədər biz bir dana cibhədə, hamımız bir dana cibhədə gedə bilirik. Məsələn, rəhbərliklərdə 2 aydan 2 aya dəyişsin. Məsələn, bu adam ki, məsələn deyirəm, bu mənim indiki beyin fırtınası edirəm. Yəni, ələn biz bunu danışamırıq. Çünki fikir otağı istəyir ki, bunu oturaq danışa yol tapaq. Nə cür biz bunları birləşdirə bilirik ki, əməkdaşlıq eləsinlər, birləşməsinlər. Ya istiqlalacan birləşsinlər, istiqlaldan sonra əməkdaşlıq elərlər, ya eləməzlər. Mümkün bəzi hizblər istiqlaldan sonra fəqət deyə mən Ərdəbildə işləyəcəm, o da deyə fəqət mən Təbrizdə işləyəcəm, o da deyə mən Urmiyədə işləyəcəm, o da deyə mən Batı Azərbaycanda, o deyə mən Şərqi Azərbaycanda, o deyə Ərdəbildə, o deyə yox mən əslində Tehrandan, Təbrizdən, Ərdəbildən, Zəncandan, Xalxaldan, hamısından bu Həmədandan, Qəzvindən, bunların hamısında işləyəcəm. Biri də mümkün deyil, yox mən sən fərzən 2 dana çıxılı şəhərdə işləyəcəm. Yəni hizbləri biz deyə bilmərik indi nə edəcəklər. Yəni mən bilmədiyim üçün deyirəm.
Bilmirəm ki, siyasət məramnamələrini görməmişəm. Deyək ki, mən məsələn Azərbaycanı haracan Azərbaycan bilirəm. Haracan Azərbaycandır. Azərbaycanın sərhədləri haradır? Biz sabahları İsrail İranı vurdu. İranı məsələn indi bu günlər mən bir dənə video dostlar yaymışdılar. Mən də onu yaydım. Məsələn Şirvanşahı zahirən vurublar ya nədir olubdu? Şirvanşahın kollən o həvani Rus padğanı daşınır. 30 dənə helikopter gedib orada sistemi daşırlar. Tamam. Mümkündür sabahları vurdu. Neynəməliyik? Mənim nəzərimə fırtına gərək buna beyin otaq lazımdır. Fikir otağı, düşüncə otağı, beyin fırtına otağı lazımdır ki, orada tökülə biz nə cür bunları müttəhid edə bilirik? Nə cür birləşdirə bilirik? Heç olmasa istiqlala qədər bunlar biri olalar, fraksiyon olalar, məclis kimi. Fraksiyon olalar. Mənim özümün məsələn zehnimə gəlirdi ki, danışan bunların bəzilərini deyəm, gəlin siz dövlət yaradın. Hərə bir vizarətxanada olsun. Hər hizbin başqanı bir vizarətxana hesab olsun. Və dəyişsin. Ya da ki, məsələn, cibhə düzəldin, rəhbər, muavin əvvəl, birinci muavin, ikinci muavin, üçüncü muavin bu cürsə eləyin. Ondan sonra, məsələn, Əlif hizbinin başqanı bu ay 2 ay başqandır, gedəcəkdir. B hizbinin başqanı olacaqdır. O 20 dananın başqanlığı qutarandan sonra 2 il çəkər, 2 il 4 ay çəkər. Ondan sonra bir də yenə Əlif hizbinin başqanı olacaqdır. Amma bu zamanda necə ki Əlif hizbinin hamı sözünə baxdı, onun qərarlarına, imzasına baş əydilər. O axirdəki lamınçına da Əlif də baxacaqdı. Bu yenə dedim, bunlar fırtına otaq istir, düşüncə otağı istir ki, o düşüncə otağında bunları beyin fırtınası yaradasan, yol tapasan, sonra da bunları gətirəsən orada belə bir sistemə salasan. Amma elə həman iş Ərdəbildə də bu cür düzəncə çox yaxşıdır. Mən bilmirəm niyə şəhərbazlıqla bəzilər müxalifət edirlər. Mən hətta gördüm ki, Sayın Abbas bəy Lisani də şəhərbazlıqla müxalifət elədi. Dünyanın hər yerində siyasət şəhərlərdən başlar. Hər şəhər özünün varlığı üçün, kimliyi üçün o birisi şəhərlərdən rəqabət elər. Bayaqları dedim, hizblərin işi rəqabətdir. Elə indi də bunu danışırıq. Siyasətə girən hər adamın işi rəqabətdir. Ərdəbillə Təbriz gərək rəqabət eləyə ki, kim daha yaxşı söz deyə bilir, kim daha yaxşı milləti küçüyə çəkə bilir, kim daha yaxşı istiqlala yol apara bilir, kim daha yaxşı savaşa təşkilatlara bilir. Bilirsiniz, biz gərək bunları pis bilməyək. İttifaqan mənim nəzərimə gərək deyək ki, Kələybər niyə oturubdu? Əhər niyə oturubdu? Miyana niyə oturubdu? Məsələn, filan yer niyə oturubdu? Qəzvin, Həmədə. Gərək bunların hamısın insanlar şəhərlərin qorumaq üçün, şəhərlərin mənafi üçün gərək çıxarlar siyasətə. Bu İranda bir dana sistem yaratdılar. Bizim beynimizi yudular. Bizə dedilər ki, İran inqilabından sonra bir dana fikir yaratdılar. O da budur ki, biz millətə desək ki, sən şəhərvin nümayəndəsisən, onda şəhərbazlıq olar. Şəhərbazlıq olanda millətlər yavaş-yavaş istiqlal alırlar. Biz nə edək? Gələk deyək ki, hər kəs nümayəndə oldu bir şəhərdən, o şəhərin nümayəndəsi, o İranın nümayəndəsidir. Nə oldu? İrançılıq yayıldı. Əvəzin ki, şəhərçılıq, millətçilik yarana, nə oldu? İrançılıq yayıldı. Biz bu fikirdən, İran yaratdığı fikirlərdən çıxmalıyıq qırağa. Bir, dostumuz bir şey yazdı, mən onu istirdim danışam, amma canım, feylən istiqlal çatmamışıq. Hər kəsə iş, məsuniyyət elirsiniz, post məqam rəis mavin elirsiniz. Yox, bu olmalıdır dostum. Siz siyasəti baş tapmırsınız. Siz İran dili ilə, İran ədəbiyyatı ilə, fars ədəbiyyatı ilə danışırsınız. Mən fars ədəbiyyatı ilə danışmıram. Biz indidən hizblər əslində dünyada nəyə qururlar dostum? Bilirsiniz, bilmirsiniz. Bəllidir ki, siz hizbə görə hesab bilmirsiniz. Siz hizbə görə bildiyiniz İranı örgətdiğidir. Farsları örgətdiğidir. Nə olar sizdə ruh, milli ruh olmaq bir ayrı bir şeydir. Siyasəti bilmək bir ayrı bir şeydir. Siz milli ruhunuz ola bilər, vətən üçün ölümə hazır ola bilərsiniz, öldürməyə də hazır ola bilərsiniz. Amma
Siyaset bilmek ayrı bir şeydir. Her hizbi dünyada her hizbi bundan ötürü qurular ki, rəis cumhur ola, dövləti ala əlinə, vəzir ola, vəkil ola. Hər kəsi gedir bir hizbə, getmir ki, orada gedir ölə. Gedir ki, vəzir ola, vəkil ola, ustandar ola, rəis cumhur ola, nə bilim, ustandar ola, fərmandar ola, bəxşidar ola, idarə rəisi ola, falan ola. Bankı mərkəzinin rəisi ola, idarə ittilatın rəisi ola, nə bilim, bunları idarə edir. Hizbə getməzlərlər, gedərlər orada ölmək üçün. Bu geri qalmış dünyadakı biz indi orada yaşayırıq İran, oradadır ki, hizbilər özlərinə bu məsuliyyət görürlər ki, savaşsınlar. Mənim lütfən vətən dostum, mən dünənləri 4 saat bu haqda danışmışam. 4 saat. Videosunu da qoymuşam. YouTube'da var. Lütfən gedin baxın. Gedin ona qulaq asın. Siyasət dünyada fərqli bir şeydir. Hizb gələr dövləti ələ keçirtmək üçün. Vəzir olmaq üçün, vəkil olmaq üçün. Çünki deyir, mənim bir düşüncəm var, mən bu düşüncəni işə qoymaq istəyirəm. Bu dövlət ki, iş üstədir, bunun siyasətlərini mən qəbul eləmirəm. Mən istəyirəm, əgər millət mənə səs versə, məni göndərsə məclisə, məni göndərsə dövlətə, mən bunu icra eləyəcəm. Hizb ondan ötürdür. Bəli, bunun üçün hər hizb çıxır. Əgər prezidentliğa, rəis cumhurluğa, vəzir amzuş pərvərişinə, vəzir iqtisadına, vəzir darayisinə, maliyyatına, nə bilim, xaricəsinə, ittilatına, ordusuna fikirləşməyə və bunlara adam indidən təyin eləməyə, o hizb deyil. Hizbin işi budur. Siz İran gözü ilə baxmayın. Necə ki, bizim dövlətimiz yoxdur, bəs biz nəyə indidən postu bölürük? İndidən postu bölməyək, nəyi bölək? Gecə yatdıq, səhər gördük, İranı vurublar. Biz istirik gələk dövlət quraq. Kimlə dövlət quracaq? Yəni, dövlət göydən gətirməyəcək. Mənim indi gələk adamlarıma təlim verəm ki, ağa, sən vəzir-i iqtisad olacaqsan, sənin təxəssüsün iqtisaddır. Yəni, döşra iqtisadın var. Ya sən, məsələn, bir belə milyard dolar ildə alver edirsən dünya ilə. Sən iqtisad gəlçinə. Sən vəzir-i beynəlmiləl olacaqsan. Uluslararası vəzir olacaqsan. Sən iç işlər vəziri olacaqsan. Sən ustandar olacaqsan. Sən fərmandar olacaqsan. Sən rəis-i bank olacaqsan. Sən rəis-i filan şey olacaqsan. İran gözü ilə baxmayın. Zehnimizi İran fikrindən silməliyik. Necə ki, bu elə həmandır da istəyir deyək ki, yəni sən niyə siyasət edir? Əsas siyasət yəni bu. Siyasət yəni bu ki, biz istəyirik bu milləti idarə edək. Əgər siz siyasəti bundan fərqli bilirsiniz, bilin ki, İran fars gözü ilə baxırsınız. Çünki orada deyir ki, bunlar istəyirlər gələrlər, prezident olarlar, post istəyirlər. Təbii ki, istəyirlər. Əsən hizb bundan ötürdü. Məgər siz orada dövlət qurub oturmamısınız? Siz ustandar, fərmandar olmamısınız? Biz də istəyirik ustandar, fərmandar olaq. Biz də istəyirik bu dövləti icra edək. Amma bizim düşüncəmiz var. Düşüncəmiz əsasında. Sizin düşüncəniz yoxdur. Urmu göldə bizim nəqşəmiz var. Sizin yoxuzdur. Sizin qurutmaz nəqşəz var. İqtisada Əfqanistan təvərrümü getiribdir sifrə, İran təvərrümü gedib 300%. Siz bunun gözü ilə baxırsınız bizə. Sən öz milləti, mən bunu bayaq dedim. Siz öz millətinizi əvəzin ki, İranın üstünə qışqırasınız, Farsın üstünə qışqırasınız, öz hizbinizin üstünə qışqırasınız. Sən niyə istəyirsən rəis cumhur olsun? Niyə istəməyim? Mən İranda da qalsaydım rəis cumhur olacaqdım. Mən istirdim rəis cumhur olam. Mən İnsaf Əli Hidayət istirdim rəis cumhur olam. Hətta rəhbər olam. Nə iradı var? Sən mənə bu icazəni vermədin, bu tordu etdin, mən səndən ayrılmaq istəyirəm, özüm gedim öz dövlətimi quram. Yəni biz dünyanın ən çətin işi dövlət qurmaqdır, dövlət idarə eləməkdir və dövləti quran istimar sistemi, gedin dedim, vətən dostum və o birisi dostlar, gedin lütfən dünənki videonu oxuyun, dünənki videoya baxın. Yəni o video məncə dostlarımıza böyük bir məlumat verəcəkdir. Mənim özümə belə təzə məlumat. Yəni özüm gördüm, mən belə də düşünə bilərəm. Biz İran dili ilə, İran ədəbiyyatı ilə, istimar ədəbiyyatı ilə bir-birimizdən danışmamalıyıq.
hizblərimizlə danışmamalıyıq. Biri əgər Tehriqaniyə həmlə elirsə, İran ədəbiyyatı ilə həmlə elir. Mən mücahidləri misal vurdum, buna görə ki, biləsiniz, mən nə deyirəm? Yəni, ya belə ekstrem deyirlər da, ya belə ifrati bir misal vurdum. İran gözü ilə baxmayacaqsınız. Milli gözünə baxacaqsınız. Milli mənfəət gözü ilə baxacaqsınız. Milli mənfəət nədir? Mənim dövlətim olmalıdır. Mənim dövlətimi kim quracaq? Kim quracaq bizim dövlətimizi? Dostlar, cavab verin. Vətən bəy cavab ver. Dövləti kim quracaq? Mən quracağam. Hizbi quracaq. O hizbi də. Hangi hizb olur, o quracaq. Burada 21 dana adam var, deyir ki, mən istəyirəm dövlət quram. Mən istəyirəm dövlət quram. Mən istəyirəm bu vətəni istiqlala getirəm. İstəyirəm dövlət quram. İstəyirəm idarə eləyəm. İstəyirəm bu vətəni bu iqtisada getirəm. Məsələn, deyir ki, misal da vurur. Deyir ki, Azərbaycan Cumhuriyyəti 30 il bundan qabaq istiqlal tapanda insanlar çörək tapırdılar yiyələr. 30 ilin içində bir dana dövlət onu gətirdi, buraya getirdi. İqtisadda İrandan çox-çox güclü. İqtisadda İranın 85 milyon adamı var, nəfti var, filanı var, bəhmanı var, hər şeyi var. Amma 1 manat 30 min dolar, 30 min tüməndir, 40 min tüməndir. 1 manat. Və içəridə insanlar təvərrümləri keçən 20 ildə məsələn deyirəm, 20 ildə gedib 10% gedib, %10 gedib yuxarıya, İranda keçən 20 ildə 3000 gedib yuxarıya. 3000. Siz burada nə cür düşünürsünüz siyasət? Fikriniz milli olmaq nə cürdür? Milli olmaq budur ki, İran ədəbiyyatı ilə danışaq. İran dili ilə, İran baxışı ilə, İran düşüncəsi ilə danışaq. O cür deyil dostum. Siyasət fərqlidir. Bir yol. Biz də fərqli baxmalıyıq. Təbii ki, hamı, yəni sən istəsən rəhbər olasan, ya mən istəyəm rəhbər olam, ya Həsən istəyir rəhbər olam, rəis cümhur olam, gərək bərnamə yazam. Gərək düşüncəsini gətirək kağız üstünə. Deyək ki, mən bu məsələn deyirik ki, xanımların haqqında nə düşünürəm? Bizim bir məsələmiz budur. Xanımlar məsələsi. Uşaqlar mədrəsəyə gedəndə mən bu mədrəsə sistemin nə cür düşünürəm? Nə cür dərs oxuyacaqlar? İnsanlar mərizlədilər. Nə olacaq bunların başına? Dərs oxuyanda danışqaha getdi. Bunun pullu olacaq, pulsuz olacaqdı. Nə oxuyacaq, nə cür oxuyacaqdı, nələri oxuyacaqdı? Kimlər dərs verəcəklər? Danışqahın hardan təmin eləyəcəyəm? Müəllimlərin hardan təmin eləyəcəyəm? Bunlar məsələdir. Siz istəyirsiniz bir dana 4 dana adamı yığın bir yerə. Baxın, vətən dostum. 4 dana adamı yığın bir yerə yoldaşlarınızı. Deyin ki, biz istirik görək ki, öz zehnimizdə 4 nəfər. İstirik ki, bir dana dövlət quraq. Ya öz məhəlləmizi, şəhrimizi qoruyaq. Bizə nə lazımdır? Görün ki, təşkilatlanmaq nədir? Mən niyə təşkilatlanmaqdan qaçmışam indiyəcən? Özüm də istirdim rəhbər olan məsələn. Niyə qaçmışam? Çünki 4 nəfəri yığmaq özü çətindir. Sonra onları saxlamaq çətindir. Sonra onları işlətmək çətindir. Çünki siyasət liderin işi budur da. Lider özü gedib qolunu çırmayıb yuxarıya işləməz ki. Heç görmürsünüz indiyəcən məsələn prezident gələ külük vura, yer qaza. Yox. Belə torpağı ələrlər, tökərlər bir dana qaba, ona da bir dana qızıl külük verərlər, deyərlər bunu vur. Vurar orada yalandan, mən bunu əhdim. Bəzinə bir dana da uşaq su səfəni ilə də gətirərlər, su verərlər, o ağaca su verər. Çünki prezidentin işi işləmək deyil ki, prezidentin işi adamları bir yerə toplayıb, onların güclərindən onlardan iş səhmaqdır, onların güclərini işə tutmaqdır. Və biz dövlət əgər qururuq, dövlət istirik. İstiqlalı nəyə istirik? İstiqlalı kim apara bilər bizi istiqlala? Kim apara bilər bizi istiqlala? O adamın ki, nəqşəsi var əlində. Deyir, ağa, biz bu işi görəcək, bunu görəcək, bunu görəcək. Fürsətlər, hangi fürsətlər ola bilər bizim üçün? Bir var özümüz yollayacaq, bir də fürsətlər ola. Fürsətlər neçə cürədir? Bir, farslar bir-birinin canına düşər, məsələn, yaşıl hərəkatı kimi. Orada biz farslar üçün yıxılmağa hazırdılar. Biz ortaya girsək, onlar yıxılarlar. Tamam, burada istifadə eləmədik, getdi.
Ərəblər, bəluçlar oradan qalxsalar, biz də buradan qalxsaq, Fars gücü eləyə bilməz, üç yerdə savaşsın, məcburda yıxılar. İsrail İranı vursa, İsrail savaşsa, biz yıxılar. Əgər Azərbaycana həmlə eləsə, Türkiyə gələr ortaya, İranı vurar, İranı vursa biz burada bizə fürsət qazanar, ərəblərə fürsət qazanar, bəluçlara fürsət qazanar, istiqlala tərəf gedər. Siyasi adam gərək 100 dana faktor qoysun. Mən bu gün otağı fikri buna görə sizə dedim. Yoxsa mən də yoxdur. Çehriqaniyə də həmlə eləyək, Həsənə də həmlə eləyək, Hüseynə də həmlə eləyək. Yoxdur. Sən nə işləyirsən? Həmlə eləyən qardaş, sən nə işləyirsən? Sən nə edirsən? 2 nəfər yığa bilmirsən buracın bir yerə. 2 nəfərə demirsən ki, məsələn biz gedək bundan bu üzə hər həftə cuma günü çıxacağıq, dağa gələcəyik. Görək ki, məsələn gələn həftəyə görə bu neçə saat tezə gedər? Neçə dəqiqə tez yenib çıxıb yenəcəyik aşağıya. Yəni gücümüz yerimaq gücümüz nə qədər şey oldu. Bizim telefonları kəssələr, nə cür bir-birimizlə deyəcəyik ki, şəhərə adam girdi. Məsələn, sabah telefonu kəsdi İran. Biz nə bilək ki, məsələn, Savcabulaqda Kürdlər girirlər ya girmirlər, Urmiyəllər nə bilsinlər, Təbrizlər nə bilsinlər. Bir deyində adamlar çalışırlar gecə gündüz, qaçır. Mən lazım olsa 24 saat qaçaram, oradan gəlirəm Təbrizdə deyərəm ki, eviz yıxılmasın, falan yerə adam girdilər, gəlin. Onlar da 24 saata, 4 günə, 5 günə, 10 günə bir ordu gələr, 10 nəfər, 50 nəfər, 100 nəfər silahlı adam Təbrizdən ya falan yerdən gələr, burada savaşar. Hazırlıq. Yoxsa evdə oturub tərköynəkdə oturmaq rahatdır. Bir də bu var. Deyirsiniz ki, çıxıb gedib su istə orada burada oturub da Amerikada, Kanada oturub danışır. Oturmayıb danışır. Bunların hamısı zindandan çıxıblar gəliblər. Bunlar hamısı canların dişlərini alıblar gəliblər. Bunlar hamısı burada zəhmət çəkirlər, işdirlər. Orada qalsaydı zindicanlıqları 1000 pay buradan yaxçıydı. 1000 pay. Mən orada qalsaydım, indi İranda bazı şəxslər deyirlər. Olmuşdum. 20-30 milyon da ayda gəlirim idi. Biraz da eşikdə işlərdim. 2-3 dənə də evim var idi. Rahat geçinirdim. Nə mənə İranda azadlıq Kanadadan çoxdur İranlılara. Nə mənə azadlıq, nə mənə burada gəldik biz bu azadlığın Kanadanın hangi azadlığından istifadə edə bilirik? Gücümüz yoxdur, radio televizyonlarında işləyək, gücümüz yoxdur, ruznamələrində yazaq. Orada qalsaydıq ruznamədə yazardıq, radioda yazardıq, televizyonda danışardıq, falan elərdik, bəhman elərdik. Burada heç. Fikirləməyin bura gəliblər. Xeyr, burada azad, burada işləyirlər. Hamısı işləyir. Biri fəhlədir, biri bənnadır, biri ranəndədir, biri tireli sürür, biri taksi sürür, biri tükanda işləyir, biri benzində işləyir, biri sabun kərxanasında işləyir, biri falan yerdə işləyir. Fikirləməyin ki, məsələn, gəliblər burada rahatlıqdadırlar. Hamı burada çalışır. Mən adamların adını gətirməyim, hər kəs nə işdə çalışır. Amma hamı çalışır. Mən tireli sürürdüm. Mən 2 il yarım Uber sürmüşəm, gecə gündüz. İşləmişəm, pul göndərmişəm, Qaradağda villa düzəltsinlər. Demişəm ki, buradan bir 300 milyon pul göndərəcəm, orada o zaman orada villa düzəltsinlər, Azərbaycanda iş yaransın. 300 milyonluq mən işləyim Azərbaycana. 2 il yarım buna iş işləmişəm. Fikir eləməyin ki, məsələn, bu rahatlıqda məsələn şey olubdu. Rahat deyil. Bizlər burada ondan sonra da sən də get kitab oxu. Əgər deyirsən rahatdır, sən də get kitab oxu. Sən də get təşkilat yarat. Sən də get deyən ki, mən vəzir olacağam, rəis cümhur olacağam, sərhəng olacağam, timsar olacağam, sipəhbud olacağam, ordu idarə edəcəyəm. Arzusu olmayan bir milletin beynində nəxşəsi olmayan bir adamın arzusunda belə qorxaq ola, yarada bilməyə ki, mən rəis cümhur olacağam və o birilərinə deyə ki, sən niyə istəyirsən rəis cümhur olasan? Bu millət bir yerə çatmaz. Bu millət müstəmirə qalar. Dostlardan biri yazıb ki, Əhməd Obalını da vurdular. Bəli, bunlar bəhsdir. Bunlar yəni
Siz hiç eləməyin. Mən yenə bunları dünənki videoda danışmışam o 4 saatda. Yəni xahiş edirəm gedin o videonu görün. Qoyun görüm adı da nədir? Ya burada görüm, burada mı təəssüfənə fikir elə mən başarmıram. Qoya bilərəm. Bir dəqiqə mən bu YouTube-dan tapım şeyi. Mənim o dünənki videomu tapsam, linkin əgər eləyə bilsəm, buradan götürüb ora qoyam. Buradan götürüb ora qoyanmaram. Ona üçün bu gərək sonra qoyular. Amma şeydir. Ərz edeyim xidmətinizə, adın deyim, adının üzüyünə. İstiqlal iradəsin heç bir şəxs, güc və dövlət sual işarəti altında apara bilməz. Elə bunu yazın, ələb əlifbası ilə yazın, gələr. İnsafəli Hidayət. Onu orada yazsaz gələcəkdir. Ərz edeyim xidmətimə barəçizə ki, İran dövləti gəldi, bir dənə fikir yaratdı. O da buydu ki, nümayəndələr şəhərdən çıxacaqlar. Amma şəhər nümayəndəsi olmayacaqlar. İran nümayəndəsi olacaqlar. İrancılıq teori var idi arxasında. Kanadada nə cürdür? İndi sizə mən dünyanın demokrat məmləkətlərində seçkini deyim nə cürdür. Təbrizi bölüblər məsələn 20 yerə. 20 dənə məntəqəyə. Kanadada. Torontonu məsələn bölüblər 20 dənə yerə. Siz adresiz olan yerdən ayrı yerdə səs verəməzsiniz. Yəni, rəy verəcəksən, gedirsən, bugün rəy verəsən. Əvvələn, adresiz burada bəllidir. Kanadada hamının adresi bəllidir. Mən bu evdən daşınıram o evə, 10 gün qanuni mənim vaxtım vardı ki, dövlətə xəbər verəm, mən adresimi dəyişdim. 10 gündə xəbər verməsəm, polis tutsa, ya bir ittifaq düşsə, dövlət məni məhkəməyə çağırır. Bu bir. Adresim bəlli oldu. Mən indi gəldim bura, dünənəcən o məhəllədəydim. İndi bugün gəldim bura, adresimi də dövlətdə dəyişdim. İntixabat günündə bir dənə kart, intixabat mərkəzi mənə bir kart göndərir. Adın budur, şöhrətin budur, adresin budur, sənduqu postun da budur. Sən filan adresdə gedib səs verə bilərsən. Özü də, diqqət buyurun, səs verməmək sənin həqqin deyil, səs vermək sənin həqqindir. Yəni, qanun sənə deyir ki, sənin həqqin yoxdur deyəsən, mən rəy vermirəm. Bunu sənin həqqin yoxdur. Sənin həqqin var, gedib rəy verəsən. Məhkəmə sistemi eləyə bilər, sən rəy verməsən, səni mühakimə eləsin. Sən niyə rəy vermədin? Sən eləyə bilməzsən deyəsən ki, mən özümü öldürürəm. Həqqin yoxdur özümü öldürəsən. Sən eləyə bilməzsən deyəsən ki, mən istəyirəm, məsələn, evimdir, bunu yandıram. Sən həqqin yoxdur evimi yandırasan. Sənindir, amma həqqin yoxdur yandırasan. Sən eləyə bilməzsən deyəsən ki, mən aşqallarımı istəyirəm ki, bundan bizə töhməyəm, saxlayam həyətimdə. Deyəsən, eləyə bilməzsən. Sən eləyə bilməzsən həyətində deyəsən ki, bura mənim həyətimdir, yekədir, 200 metr həyətim var, buradan 4 dönə camış saxlayacaq. Saxlayamazsən. Diqqət buyurun. İnsanların bir iddə həqqləri vardır ki, onlardan keçə bilməz. O cümlədən, sən deyə bilməzsən, mən istəmirəm dövlətim olsun. Necə ki, mən istəmirəm, mənim milli hakimiyyətim olsun. Mən istəmirəm sümürgə qalam. Sən bunu eləyə bilməzsən. Sən sümürgə qalmaq haqqın yoxdur. Əgər biri deyir, mən İranlıyam, İrancıyam, İranlıyam, İranlılıyam, İranda qalmaq istəyirəm, bu adam sümürgə beyinlidir. Haqqın bilmir. Öz haqqın öz əlindən alır, verir bir ayrısına. Deyir ki, sənə inək lazımdır, öküz lazımdır, gəl ipi sal mənim boynuma, mənə apar işlət. Bizim haqqımız yoxdur, boynumuza ip salaq, verək birinin əlinə, deyək ki, sən məni apar öküz əvəzinə işlə. Belə haqqımız yoxdur. Bunun üçün dostlar, Kanadada hər kəsənin məhəlləsi bəllidir.
Sandıq postu üzü ilə. Orada da bir dana yeri illər dövlət seçibdi. Dövlət deyəndə dövlətə rəbti yoxdur. Müstəqil dövlətdən müstəqil bir dana mərkəz vardı, intixabat mərkəzi. O intixabat mərkəzi gəlib bir dana bir yeri seçibdi, ya kirayə eləyibdi, kirayə eləyib. Normalda da budur. İntixabata 10-15 gün qalanda, 1 ay, 2 ay qalanda deyirlər ki, hər kəs istəyir məsələn gəlsin, sandıq başına geçsin, sandıqlarda dursun, yazsın bizə. Biz saatına məsələn 20 dollar pul verəcəyik. Saatı 15 dollardır, biz 20 dollar pul verəcəyik. Məsələn, bunlardan ikisi 3 gün işləyəcəkdi, qalanları məsələn 1 gün işləyəcəklər. Vəssalam. O adamlar o günü gedirlər, o idarədə işləyirlər. O idarə deyir ki, sənin yerin məsələn filan adresi, gedəcəksən orada olacaqsan səndığın başına, millət gələcək, rəy verəcəkdir, listi də verirəm sənə. Bu adamlar gələcəklər. Adına baxacaqsan, şöhrətinə baxacaqsan, sandıq postusuna baxacaqsan, kartı millisinə baxacaqsan, o kartı milliyin üzü ilə baxacaqsan. Özünün əlindəkini kartı millinə, kartı milliyin adresi, hər şeyi ilə tutuşturacaqsan. Tutuşturandan sonra o rəyin haqqı rəyi var. O rəyin orada sala bilər. Orada olmasa deyəcəksən get ayrı yerdə. Sənin rəyin məsələn ayrı yerdə. Get tap. Sənin evə bir kağız gəlibdir. Hardasa rəy verə bilərsən. Bunun üçün bunu niyə belə eləyir? Bunun üçün şürt durub gəlib o yerdə rəy verə bilməsin. Bu məhəllədən gedib o məhəlləyə sən rəy verə bilməyəsən. Çünki sən niyə? Çünki sənin nümayəndən çıxdı. Sən bildin ki, bundan bu David sənin nümayəndir. Bu məhəllənin nümayəndəsi, bölgənin nümayəndəsi Daviddir. Sən bundan bu üzrə hər nə işin var Davidə gedəcəksən. David də sənə cavab verməlidir. Gedirsən ki, David, məsələn, mən burada karxana qoyuram, iş qoyuram, kərxana qoyuram, mənə xəbər deyirlər olmaz. Sən mənə de görüm, olar olmaz. Qanuni nə nədir? Ya bir dənə qanun apar təsvib elə ki, mən bu şəhərdə eləyə bilim, məsələn, bu işi görə bilim. Məsələn, hər nə mənə. Sən o nümayəndə ilə tərəfsən. Getdim bir dənə iş gür gəlmədi, bir iş istəyirsən gür gəlmədi. Məsələn deyim, birdən burada indi bizim dostlarımız vardı. İstir bacısı, nənəsin, qardaşın gətirə bura. İşi gür gəlmir, dövlət icazə vermir, bir vaxtda saxlır. Getmir dövlətə. Gedir nümayəndəsinə. Salam əleykum, əleykum salam. Mənim adresim filandır. Demir mən sənə rəy vermişəm, mümkün də ona rəy verməyibdi. Ayrısına rəy verib. Ya da əslində rəy verməyibdi. Ondan işi yoxdur. Gedir o nümayəndə deyir, sən mənim məhəlləmin nümayəndəsisən, məntəqəmin nümayəndəsisən. Sənin vəzifən mənim mənafeyimi difa eləmək. Bu məhəllənin mənafeyini difa eləməkdir. Bu məhəllənin də bir adamı mənəm. Mənim mənafeyimi difa eləməlisən. Mənə filan iş lazımdır, mənə filan köməklik lazımdır. O da deyir, tamam, mən bunu yazacağam vizarət-i filana, bunu da yazacağam filan bəhmana, sən get ki, mən bunun cavabları sənə göndərəcəm. Görürsünüz nə qədər və nə oldu? Millət gəl nümayəndə, mən Kanadanın nümayəndəsi deyil. Bu məhəllənin nümayəndəsi. Çünki bu məhəllə gərək inkişaf eləyə. Mənə nə o birisi məhəlləm inkişaf elədi? Mən qaldım dağıya. İndi mənə nə ki İsfahan nə dedilər ki, İran dövləti, Əhmədinəcadın dövlətinin adamları deyibdi da, İsfahanda, İsfahan şəhərində Çin, Japon, Kore, Hindistan və bir neçə məmləkət qədər motosiklet karxanası var. Yəni, diqqət buyurun, Çin 1 milyon 600 min, Hindistan 1 milyar 600 min, 100 milyon, Hindistan da o qədər. Ondan sonra Japon o nə qədər, hər nə qədər cəmiyyəti ilə və o iqtisadi gücləri ilə. Kore o da o cüzü. Singapur o da o cüzü. Nə bilim, Malezi o da o cüzü. Bunlar Pakistan. Bunların hamısı qədər onların karxanaları var, motosiklet karxanaları var. Motosiklet düzəldirlər. İsfahanda o qədər karxana düzəldiblər. Yəni fikrin ki, onların 300 dana motosiklet karxanası var. Neçə milyon, neçə milyard adama, 3 milyard adama 300 dana karxanaları var. İsfahan şəhrində bilmem ne 80 milyon deyək adama istəyirlər motosiklet düzəldələr. 300 dana, bilmirəm, amarı yadımda deyir, amma bu vardı. Bu internetdə vursanız gələcəkdir. Karxana var. Zobahən, Hind, Çin, Japon qədər şeydə siz deyin. İsfahanda karxana var. Mənə nə ki, axı mənim nümayəndəm niyə gedibdi? Əvvəlcə ki, Kələybər, Vərziqan abad ola, İsfahan abad oldu.
əvəzinci Urmiyə, Xoy, Səlmas abad ola, əvəzinci Zəncan, Əbhər abad ola, əvəzinci Qəzvin abad ola, Əraç abad ola, Miyana abad ola, gedibdi İsfahan abad olub. Simnan abad olubdu. Niyə? Çünki bu nümayəndə mənim nümayəndəm deyil axı. Çünki bizlərdən bunu deyil, buna görə deyirəm, İranlı düşünməyəcəksiniz. Biz gəlirik burada nə deyirik? Sizə bunları deyirik. Deyirik ki, dünyada sistem fərqlidir. Niyə deyirik beynimiz yıxanıbdır? Belə olub yıxanıbdır. Beynimiz beləsi olub yıxanıb. Gəlib bizi su tutmayıb da ki başımıza. Biz bir şeyler eşitmişik, onu tuti kimi titrir edirik. Gəvşirik. Salmışıq ağzımıza, saqqız eləmişik. Hizbilər niyə məsələn filan kəs Ərdəbildə? Sən də get öz şəhrində elə dostum. Hər kəsin öz şəhrində bir milli hərəkətin bir tərəfindən yapışsa, hər şəhər özün difa eləməyə gücü olsa, hər şəhrin özündə 1000 dana, 2000 dana, 5000 dana fədai düzəlsə, bizim bəsimizdir. Necə ki, məsələn, indi mən üçün Təbrizdə işləmirəm, deyim, Ərdəbillər niyə işləyirlər? Yaxşı eləyirlər, əllərindən öpürəm. Sən Təbrizdə işlə, sən Zəncanda işlə, sən Qəzvində işlə, sən Həmədanda işlə, sən Xoyda işlə, sən hər yerdə işləyirsən işlə. Hər kəsin öz şəhrində işi qabağa aparsa, Urmuc bu vəziyyətdə olmaz. Bizim mühümtərin müşkülümüz budur ki, bizim əlimizdən dünən dedim bunu, dedim ki, o şey haqqdır ki, bizim milli mənfəətimizi qəbul eləyər. Əgər bizim milli mənfəətimizi qəbul eləməsə, nahaqqdır. Bizim haqqımız yoxdur, deyək ki, baxım görüm, sən haqsan ya o haqdır. Yox, elə bildik ki, bu türkdür, sən haqsan. Qutuldu. Bir dənə profesordur, məsələn, Ziba Kəlam, bir də bizim bir dənə Moğtadımız. Xiyabanda savaşıblar. Biz Moğtadımızın tərəfini tutacağıq. Çünki bizə haqq olan adamımızdır. Ziba Kəlamın deyil. Çünki Ziba Kəlam bizdən deyil ki. Ziba Kəlam düşməndəndir. Bizim haqqımız yoxdur, yaxşı. Əslən biz vurmuşuq onun maşınına, o deyir, mənim maşınım siz vurmuşsunuz, nahaqsınız, xeyr. Əgər gördük ki, bir dənə türkün səsi gəlir, farscanı danışır türk ləhcəsi ilə, haqq səninlədir. Haqq sən, biz sənin yanında duracaq. Milli düşüncə belədir, dostlar. Amerikanın bir dənə sərbazın vuranda durur, gedir, mən sənin işlə 1000 dana məni öldürmüşəm, sən də mənim 3 danamı öldürmə, gəlləm səni öldürürəm. Haqq mənləndir. Çünki haqqı mən təyin edirəm, haqqı mən tərif edirəm, haqqı mən göstərirəm nə haqqdır, nə haqqdır. Və haqq nədir? O şey ki, mənim mənfəətimdir, mənim millətimin mənfəətinədir, mənim vətənimin mənfəətinədir. Mənim rifahımadır. Mən burada, mən özümü, şəxsimi demirəm, mən millət olaraq danışıram. Bizim haqqımız yoxdur, İran kimi düşünək. Bunun üçün deyirəm, dünənki video çox-çox önəmlidir. Çünki çoxlu mövzular haqqında bunları danışdırmış, açmışıq, demişik ki, nədir olacaqdır və xahiş edirəm, gedin görün. Gedin qulaq asın. İradınız olsa, irad tutsaz, gəlin yazın. Mənim özümə də yazın. Ümumi yerdə də yazın. İnsaf Əli Hidayət sən iştibah eləmsən. Niyə? Bu dəlilə. Mənim cavabım olar deyərəm. Cavabım olmaz, gəlirəm deyirəm, siz düz deyirsiniz. Təəssübə, o cür təəssübə ehtiyac yoxdur. İki şeyə təəssüb var, ondan sonra heç də təəssüb yoxdur. Millət vətən. Millət vətən. Ondan sonra heç kəs, dünən dostlar yazdılar, müqəddəs dedim, heç kəs müqəddəs deyil. Heç kəs müqəddəs, heç fikir, heç düşüncə müqəddəs deyil. Necə ki, din müqəddəs deyil. Mən o birisi gün kravatımı belə çəkdim, açdım, dedim, kravat, mənim bu kravatım dindir. Bugün bu rəng bağlamışam, açaram, ataram. O yüzden səhər bir ayrısını bağlaram. Bizim təəssübümüz iki şeyədir. Sən mənə deyəcəksin görüm, vətən və millət. Bundan sonra heç də təəssübümüz. Haqq vətəndə və millətindəndir. Vətən və millət. Haqq bunlar ikisidir. Ondan sonra haqq yoxdur. Həsənqulu, Hüseynqulu bunlar hamısı geçicidirlər.
Biz geçici adamlara bel bağlamayacağıq. Bağlayacağıq təbii ki. Təəssübümüz də necə ki onlar vətənə və millətə işləyə qədərdir. O zaman ki vətəndən və millətdən caydılar, onda bizim onlara təəssübümüz olmayacaq. Rəsmən və əmələn biz beləsi düşünməliyik. Milli deyəndə nə olur dostlar? Milli bu iki dənə. Və dostlar, bu dostumuzun mən sevdim sözünü. Vətən adlı dostumuzun sözünü sevdim. Mənə fikir verdi. Deyir ki, şəhərlik şey olsun. İttifaqa mən Abbas Lisani cənabları da bunu deyib ki, şəhər, mənim nəzərimdə Abbas Lisani böyük iştibah elədi orada. Milliyyətçilik, vətən adı. Baxın, o zaman ki biri deyir, mənim əvvəl vətənim İrandır, sonra Azərbaycandır. Çünki bunu Azərbaycansızlaşdırıblar. Azərbaycanı bundan çıxadıblar. Azərbaycanı nə cür çıxadıblar? Deyiblər, sənin kəndin, sənin vətənin deyil. İranın harasını geçsin, o sənin vətənindir. Amma əgər məndə bu qalsaydı ki, mən Çalanlıyam, Çalan mənim vətənimdir, İran mənim vətənim deyil anlamına gələrdi. Mən Çalanlıyam, Çalan Azərbaycanın bir parçasıdır. Mən Azərbaycan mənim vətənimdir, İran mənim vətənim olmazdı. Hər kəsən Kanadada bu cürdür, Amerikada bu cürdür. Bir dana, məsələn, mən yaşadığım yerin yaxınlıqlarında kət var. Kət deyəndə İran kimi kət deyir ki, bura adı kətdir, bir dana şəhərdir, məruzxanası da var, şəhərdar da var, hər şey var da, amma adını deyilir village, kət. Elə adı üstünə villagedir, yəni kət. Bir də gedirsən ora, deyir ki, biz Torontodan güclüyük, bizim falan timimiz var. Bizim, məsələn, Torontoda da festival var. Dostlar, diqqət buyurun. Onun qabağına burada da festival qoyubdu. Məsələn, mən geçən bir dənə şəhərə getdim, köhnə maşın, antik maşınlar festivalı qoymuşdu. 3 gün. 2-3 min dənə maşın dünyanın hər yerindən gəlmişdilər orada festivala. Bir dənə çıqqılı şəhər idi, neçə min nəfər cəmiyyət var? 3 min cəmiyyət var idi. 3 min cəmiyyət idi, biz Torontoda bu festival yoxdur, bizim varımızdır. Geçən bir-iki həftə bundan qabaq bizim bir dostumuz gəlmişdi. Dedi ki, o 3 saat şimalda yaşır. Yəni biz Torontoda yaşırıq. Torontodan 3 saat, yəni 300 kilometr geçsəz, hava çox sərinlər, ora geçsəz, mutlaka biraz şeyə tərəf, Ottaviyə tərəf, o tərəflərdə deyirdi ki, burada məsələn bir dənə festival var. Fəqət Kanadada bizdə var. Bu şəhərdə var. Şəhərin cəmiyyətinin içəridə 600 dənə adamı var. Amma deyir ki, mən Torontonun qabağında duracağam. Biz özümüz bir şəhər o. Çünki siz şəhərinizə təəssübünüz, qeyrətiniz olmasa, sərmayə oradan qaçar. Əgər niyə sizin şəhərinizin adam durub gedib Təbrizdən, durub gedibdir şimalda hotel tutubdur, bizə minnətin qoyur ki, siz bir də belə elədiniz, mənə bir icazə vermədiniz, 5 dənə apartman tutuyor, mən getdim orada şey elədim. Səndə vətən anlayışı yoxdur. Səndə şəhər anlayışı. Səndə şəhər anlayışı olsaydı, deyərdim ki, mən məsələn haralıyam, məsələn Xoyluyam. Mən karxanamı Xoyda tikəcəm. Mən hotelimi Xoyda tikəcəm. Gedib şimalda tikməzdi. Niyə bu cür olub? Niyə Amerikalılar belə deyir? Niyə Avropalılar belə deyir? Çünki bizə tərsə öyrədiblər. Bizdə vətən hissini bizdən çəkiblər, alıblar. Bizim necə qanımızı damarımızdan çəksən, gedib qan verənlər bilərlər. Qan verəndə damarınızdan qanınızı çəkirlər, alırlar sizi. Bizim də vətənini və millətlik sevmağı bizim qanımızdan çəkiblər, alıblar. Bizim qanımıza baxsan, bir çoxumuzun qanın analiz eləsə, içində vətən yoxdur. Elə bir ki, A vitamini, B vitamini, C vitamini yoxdur. Dəmir yoxdur. Filan yoxdur. Niyə? Bunları bizim qanımızdan alıblar. Biz niyə vətənsizik? Çünki qanımızda vətən eşqi yoxdur. Çünki bunu bizim qanımızdan bizi vətənsizlədiblər. Bizə, əslən bəzi adam düşün, mənə nə fərq edər? Mənə hər yer vətəndir. Yəni bu adamın vətən anlayışı yoxdur. Əslən bu adam bilmir vətən nədir. Əslən bu adamın milliyyət hissi yoxdur. Bu adam durur gəlir Türkiyəyə, Təbrizdən, Urmiyədən, Zəncandan, oradan, buradan. Farsı danışır, farsı yazır. Farsı musiqi qoyur.
Biri ilə danışanda farsı danışır. Mən İraniyam. Bir dənə Türkiyə ilə danışır. Məsələn, o soruşur, məmləkət nərəsi? İranlı. Ulan sən İranlı deyirsən, deyirsən mən Azərbaycanlıyam. Amma adamın vətəni yoxdur, vətən düşüncəsi yoxdur ki. Vətəni düşünmür ki. Milləti düşünmür ki. Demir ki, mən Türkəm. Mən İraniyam. Mən İranlıyam. Ulan sən İranlı deyirsən, sən Türksən. Sən Azərbaycanlısan. Sənin millətin Türk millətidir, vətənin Azərbaycandır. Amma adam vətənsizləşib axı. Onun üçün ona mühüm deyil. Mən dedim, ən önəmli budur ki, sən gərək təəssübün milləti ola. Dedim, bizə deyiblər təəssüb şeydir. Təəssüb pis bir şeydir. Təəssüb çox qəşəng bir şeydir. Təəssüb hər millətin qabağa getmək şeyidir, çabasıdır. Təəssüb ilə millətlər qabağa gedərlər. Təəssüb ilə millətlər rəqabət elərlər. Təəssüb ilə millətlər bir-birlərinə rəqabət bahis olar ki, sərvət gələr, pul gələr, insan gələr, filan gələr. Bir dənə şəhər vardı, 8 saat buradan Torontodan üstə gedəndə adam yığa bilmir. Çox soyuqdur, uzaqdır. 8 saat gərək maşın sürəsən. Gedəsən ora. Gəlib deyibdi ki, bura hər kəs gəlsə 2000 metri 10 dolara verəcəm. Niyə o cür eləyir? Deyir ki, mənim vətənimə şeyim vardı, həssasiyyətim vardı, təəssübüm vardı. Gəlsinlər, pullular gəlsinlər, burada yer 10 dolar tamahına gəlsinlər, yer alsınlar. Amma burada 500 milyon, 500 min, 1 milyon xərcləyəcək, ev düzəldəcək, xiyaban düzəldəcək, şüşə düzəldəcək, park düzəldəcək, ağac əkəcək, evinə mobl alacaq, səndəl alacaq, televizyon alacaq, filan alacaq. Mənim şəhərimdə iqtisad inkişaf eləyəcəkdir. İşsizlər işə gedəcəklər. Mütəvəccüh olursunuz. Bilmirəm, siyasəti bilmirsiniz. Vətəni sevmək elə bu cür deyil. Yaşasın Azərbaycanla vətən çıxmaz. Traktor milli bayraqla dostunuz dedi, şey çıxmaz, vətən çıxmaz. Millət çıxmaz. Əvəzin ki, gələsən burada Həsənin başına, Hüseynin başına, İnsafəlinin başına çığırasan, o hizbin başına, bu hizbin, orada o şeyin başına çığıracaqsan. İranın ustandlarının, fərmandarının nümayəndəsinin hangi Azərbaycanlı vətənpərəst? Dünən bunu dedim, yenə də deyim. Kim durub gedibdi? Məsələn, filan kəsə vurubdu ki, Azərbaycanın ziddini danışır. Hamı gözlür ki, mən gedim. Yox, vətən qeyrətin bizdən alıblar. Düşüncəsin bizdən alıblar. Təəssübün bizdən alıblar. Millət təəssübün, millət qeyrətin bizdən alıblar. İndi Tehranda fikirlə, Meydan-ı İmam Hüseyndə, Meydan-ı Azadda, Meydan-ı İnqilabda, Meydan-ı Təcrişdə, filan yerdə bir dana türk qışqırır. Ay vay məni vururlar. Ay burada bir türk yoxdur. Heç üstün bir hamı çıxır gedir. Vətən qeyrəti, millət qeyrəti alınıb bizdən. Amma bir də var idi, bir zaman var idi. Fəqət türkün səsi çıxanda hamı bilir türkçə. Olan nə olub? Kim bunu vurur? Tökülürlər, o adamı vururlar. Orada haqqı yoxdur mənə bu mühüm deyil ki, bu vurub onu. Mənə mühüm budur ki, bu mənim həm vətənim, həm dilimdir. Qanlımdır, həm qanlı. Mənlə bir qanımız var. Bir millətik, bir dil danışırıq. Bir torpaqdanıq. Amma bunu bizdən alıblar. Bunu bizdən aldığı üçün bu türkü orada vururlar, işimiz yoxdur. Onu orada vururlar, işimiz yoxdur. Bunu burada vururlar, işimiz yoxdur. Bizdə gərək bunlar çoxala. Traktorun o zamanacan bizə ərzişi var, o timin ki, bizi bunlarda köməklik edir. Bizə traktoru çox sevirik. Hörmətlə qoyuruq. Niyə? Çünki orada bəzi şüarlar deyilir. İnsanlar yavaş-yavaş təəssüb zehnilərindən çıxır. Yavaş-yavaş millətləşirlər. Yavaş-yavaş Azərbaycan sənə canın qurban olsun. Azərbaycan mən sənin yolunda öldürərəm. Azərbaycan mən sənin yolunda ölərəm. Bura gedir. Biz də bunu istirik. Yoxsa millət olmaz. Əgər siz deyəsiniz ki, dostlar, bir dənə məmləkət var. Adı Sənqafurdur. Sənqafur suyun ortasında bir daşdır. Daş, sınır daş. Sınır demilir, nə deyirik ona? Dostlar yazın, nə deyirik? Fəqət daş. Bir dənə adadır. Osman adası ki var daha şeydə, Urmu gölünün ortasında. Ona tabi bir adadır.
Yumruqçu. Amma yekə, çox böyük, çox böyük. Neçə 100 hektar bilmirəm oranın yeridir. Çox böyük bir adadır. Suyun içində yumruq kimi biz yekədir. Burada torpaq yoxdur, gül əkəsən. Torpaq yoxdur, gül əkəsən. Çün adadır, şirin suyu yoxdur. Şirin suyu yağışdır. Yağışdan sonra isə yoxdur. Yəni oradan məsələn bir çay axsın, bir quyu qazaq su çıxsın, belə bir şey yox. Quyu qazsın su çıxsa, şor su çıxar. Torpaq yoxdur. Dedim mən, sidrəmə nə mən indi onun adı yadımdan düşdü, çıxdı. Daşdır. Daş. Orada istəyirsiniz bir şey tikəsiz, iki daşı qoyasınız bir-birinə, istəyirsiniz sonra palçıq qoyasınız, gedib gəmi ilə palçığı ayrı yerdən gətirəsiniz, simanı ayrı yerdən gətirəsiniz, burada bu daşları qoyasınız bir-birinin üstünə, tikəsiz gedib üstə. Nə nəfti var, nə qazı var, nə əkinəcəyi var, nə falan var, nə bəhman var. Suyun ortasında, dünyadan kəsik. Dünyanın hər yerindən torpağı, simanı, dəmiri, filanı gətiriblər orada, adam tikiblər, gedib göyə. Dünyanın uca saxtımanlarının deyə bilirəm ki, məsələn, fikir eləyin də, dünyada 100 dana uca saxtıman var, bunun 80'i oradadır. Dünyanın ən baha şəhəri oradır. Ən baha şəhər oradır. Ən rifahlı şəhərdir oradır. Yəni buranın karxanası da yoxdur. Amma gəlib bunlar karxananı eşikdən alırlar, gətirərlər bura, dünyadan yük gələ bura, yükü gətirirlər bura, buradan dünyaya yük verirlər, pul qazanırlar. Yəni gecə-gündüz işləyiblər, vətən yaradıblar. Bu daşı özlərinə vətən eləyiblər. Vətən dostlar, nəft üçün vətən deyil. Vətən, qaz üçün vətən deyil. Vətənin anlamı budur ki, mən burada yaşıram, bunun üçün ölərəm, buranın rifahı üçün, buranın inkişafı üçün, buranın insanlarının rifahı üçün çalışacağım. Yoxsa sən deyəsən ki, burada mənə bu imtiyazı vermədilər, mən pulumu aparacağım falan gedir, sövmüm, sən vətənçi deyilsən, sən ziddi vətənçi. Sənin beynində vətən yoxdur. Amerikalılar pullarını aparıblar, qoyublar Singapura. Aparıblar, qoyublar falan yerə. Doğrudur, qoyublar. Amma niyə qoyublar? Deyiblər, orada ucuz deyil, xaricər. Biz orada işlədəcəyik, gətirəcəyik bura. Dünyanın buradan göndərəcəyik ora, oradan satacağıq dünyaya. Biz oradan çox pul gətirəcəyik. Çox pul gətirirlər Amerikaya. Bunun ki, onların pulları tamamilə gəlir Amerika bahlarına. Amerikanın orada bahları var. Necə indi biz işləyib qoyuruq İranın bahlarına? Bu pulun mənfəəti var. Pulun özü ki fırlanır bir mənfəətdir. Bir də bu pulu verirlər Bama, ora, bura, karxanalara, filanlara, bəhmana, oradan iş yaranır. O da bir mənfəətdir. Nuzul alır, o da bir mənfəətdir. Yəni bank özü yüzlər mənfəət çıxadır. Yüzlər mənfəət çıxadır ki biz onların heç bir... Amma onu veririk kimin bankına qoyuruq? Hesab, İran bankına qoyuruq. Amerika neyinir? Amerika gətirib Türkiyədə orada burada bank qoyur, deyib pullarınızı gətirin qoyur mənim hesabıma. Bu pulların mənfəəti keçsin mənim millətimə. Bir var ki, Təbrizdən üstü deyir ki, mən məsələn filan yerdə karxana qoya bilirəm. Məsələn, Təbrizdilər bu işi gördülər. Ahmaq beləsi olar. Aparıb traktor karxanasında bir dana Kürdistanda düzəltdi. Sən burada ildə 20.000 dana traktor düzəldirdin, apardın verdin Kürdlərə, Kürdlər 10.000'in düzəlsin, sən də 10.000'in düzəlt. Mənfəətin getdi. 10.000 dana traktor satacağın ildə 10.000 dana da onlar satacaqlar. Sən nə edəcəksən? Buna deyirlər ahmaq, vətən bilməyən. Bir dana karxanası var idi, traktor sazı ki 4 dana traktor sata bilərdi ildə. Onu da apardı, bir dana şöbə vurdu şeydə, Kürdistanda, sən əndəsə, siz burada traktor düzəldin. Mən də gedəcəm, barmağımı somuram. Sən nə satacaqsın? Sabahları İran müstəqil oldu, neynəyəcəksən? Azərbaycan müstəqil oldu, neynəyəcəksən? Adam düşünmür. Siyasi adam bunları düşünür. Siz əgər siyasisiniz, mən əgər siyasiyəm, o əgər hizbidir, bunları düşünür. Gecə-gündüz şərəf bunları düşünür. Biz muhtadları neynəyəcəyik, dostlar? Sabah bizim muhtadımız var. Bir belə fahişəmiz var. Bir belə zindanda adamımız var. Bunları neynəyəcəyik sabah? Siyasinin işi bunları düşünməkdir. Siyasinin işi bu da duracaq xiyabında gedə, şəxsi gedə. Ona da gələr, təbii ki ona da gələr. Amma siyasinin işi lider olmaqdır, rəis cümhur olmaqdır,
vəzir olmaqdır, ustandar olmaqdır, fərmandar olmaqdır, bəxşdar olmaqdır, məclis qurmaqdır, ədliyyə qurmaqdır, bunları idarə eləməkdir, bunların başında olmaqdır. Bizdən şəhərlərimizi əlimizdən alıblar. Kətlərimizi müftəbbə, o yekəlikdə torpaqları. Mən bu cür fikirləşirdim ki, mənim dədəm bizim kətdə kasıb adamdır. Çox cavanlığında dədəsindən ayrılıbdır. Dədəsi də biraz eləyibdir. Çox mal verməyib buna. Amma yenə də baxırdım, görürüm ki, yenə az olsa bizim kətdə bir 10 hektar yerimiz var imiş mənim dədəmin. Onu tərk elədik, bizdən vətəni elə aldılar. Əvəzinki bizim pullu adamlarımız düşünərlər ki, mən pulumu aparım, qoyum bura, insanlar gəlsinlər, burada işləsinlər, qalsınlar vətəndə. Apardılar, qoydular Tehrana, biz hamımız daşındıq Tehrana, Təbrizə, ora bura. Kət boş qaldı. O metri bir qrana satanmadıq yerimizi, getdik Təbrizdə, Tehranda metri fulana yer aldıq. Elə indi daha sərvətimizi də Azərbaycandan daşıyırıq, Tehranda apartman alaq. Dünənləri birinə baxırdım, yazmışdı ki, fəqət fondasyonun istəyə tərrahlıq edə metri düşür neçəyə? 3 milyon 700-ə. Hələ onun qap pəncərəsi var, ağartması var, lüləsi var, bərqi var, suyu var, qazı var, telefonu var. Bunlar gələcək üstündə metri çıxacaq məsələn 5 milyona. Ya 6 milyona, ya 7 milyona, ya 10 milyona. Bizim kətlərdə yerimiz, şəhərlərdə yerimiz neçəyə metri gedir? Müftiyə. Niyə? Çünki biz vətən düşünməmişik. Vətəni anlamamışıq. Vətəni ötürmüşük. Sərmayəmizi aparmışıq İsfahanda, Bəndər Abbasda, Simnanda, Yəzdidə, Kaşanda, Şirazda. Ondan sonra nə olubdur? Batı Azərbaycana iş yoxdur işləmək. Adamlar kötür gedir Tehrana. Nə olur? Evin satır şurada. Kötən neyniyəcəkdir? Sənin əgər milli düşüncən olsa, sənin milli sərmayən getməz o birisi yerə. Əvvəl məscidin içi, əvvəl evin içi, sonra məscid. Nə məscidin içi? Əvvəl öz kəndin, öz şəhərin. Əvvəl öz şəhərindəsən, şəhərbazlıq eləyəcəksən əslən. Əslən, tarix boyu insan şəhərbazlıq əsasında millət qurubdur, dövlət qurubdur. Biz çox belə geri qalmışıq, xüsusən ki, İran düşüncəsinə girən insanlar geri qalmış insanlardır. Buradan qurtarmalıyıq, dostlar. Mən istəmirəm birini danlayam. Mən heç kəsi danlamaq istəmirəm. Doğrudan bunu deyirəm. Çünki mən də bu yolcu gəlmişəm daha. Mən də bu cür olubdur. Mən də pan-İranistlikdən gəlmişəm bura. Mən də bir zaman İrancı idim. Hamımız bu yoldan gəlmişik. Bir çoxumuz Xomeyniçi olmuşuq, bir çoxumuz Şahçı olmuşuq. Bunlardan gəlmişik. Yəni şeylə gəlməmişik ki. Ayılmışıq, yavaş-yavaş ayılmışıq. Amma ayılmağa çalışmışıq və həmlə eləməmişik. Mən federalist olanda Əhməd bəy Obalın cənabları mənlə müsahibə elədi. Mən ona həmlə eləmədim, sən niyə istiqlalçısan? Çünki o da bir insanlara hörmət qoyacaq. Xüsusən özümüzə. Dedim, bizim dostlar, baxın, bizlər müstəmir olduğumuz üçün və işğal olduğumuz üçün işğaldan çıxmaq istiyoruz. Ondan savaşmaq istiyoruz. Savaşmaq ruhiyyəsi bizdə var. Amma üçün ona zorumuz çatmır. Bunun acısını bir-birimizdən çıxardırıq. Mən əvəzim ki, gedəm, ustandarın başına qısıram, əvəzin ki, o nümayəndəni qoyam şapalağın altına, əvəzin ki, ona bir-iki dəyənə çəkəm, hətta əvəzin ki, gülləni çəkəm, vuram kəlləsindən, yıxam yerə, əvəzin ki, o Kürdlə savaşam, əvəzin ki, o Farsla savaşam, əvəzin ki, o televizyonda çıxıb məni təhqir edir, onunla savaşam, onu vuram, onu öldürəm, gəlirəm burada, deyirəm ki, bizim hizbimiz niyə o cürdür? Və bilmirəm hizbin işi nədir? Və İran dediklərim burada tikir edirəm. Biz bundan qurtarmalıyıq. Nədir qurtaracaq? Otağa fikir açacaq. Burada indi 5 nəfər adam var. Hərəsi
Hərəmiz gedək 4 nəfər yığaq başımıza, deyək ki, bununla bu üzə həftədə 1 saat qoyacağıq. Görək ki, bizim müşkülümüz nədir? Bizim Azərbaycanın müşküllərini toplayaq. Ya məsələn, niyə müstəqil olamırıq? Bunun müşkülünü tapaq bax. Biz niyə mənə zehnimizə gəlir, fəqət bunları tökək. Bunları tökək, toplayaq. Yazaq. 1, 2, 10, 100, 200, 500, 1000. 1000 dənə illət tapdıq ki, niyə biz bu vəziyyətdə yaşırıq? Bu özü böyük bir işdir. Bir dənə otağı fikrin işidir. Otağı fikr beləsi olar dostlar. Otağı fikr hətmən bir idarə deyil, bir sazman deyil. Otağı fikr o yerdir ki, 4 nəfər orada oturarlar, danışarlar, yazışarlar, fikirləşərlər, yazı yazarlar. Bunların hərəsi otağı fikridir. Hər ruznamə bir otağı fikridir. Hər həftənamə bir otağı fikridir. Çünki oradan bir fikir yayılır. Orada bir şeylərə deyirlər ki, biz bunu qəbul edirik ya, eləmirik. Keyhan bir otağı fikridir. Risalət bir otağı fikridir. Səlam otağı fikridir. Çünki orada yüzlər nəfər işləyir. Bizim gücümüz yoxdur, radyo, televizyonumuz yoxdur. Yüzlər, minlər nəfəri gətirək bu sahədə deyək ki, fikirləş, yaz, dağıt. Amma bunu eləyə bilirik. Məsələn, burada 6 nəfər, indi 7 nəfər. 7 nəfərə deyək ki, ağa, mən gedəcəm 7 nəfər yığam dövrəmə. Deyək ki, bu günləri istirik ki, İran-İsrail məsələsində bir təbliğat aparaq, bir yazı yazaq. Nələr yazaq? Sən o zaviyədən mənə həml elə, mən də sənə həml eləyim. Zahirdə zərgəri dava salacaq, amma bu sözü aparacaq İranın içinə. Yəni dostlar, bunlar zərafət istir. Savaşın çoxu güllə ilə olmaz. Savaşın çoxu rəvanidir. Ruhsal savaşlardır. Sən düşmənin əvvəlcə düşməni içəridən qorxudasan, it böləsən, ondan sonra zəfər qazanarsan. Yoxsa sən düşməni bölənməsən içəridə, düşmənin içinə girənməsən, düşmən səni bölsə, bitdin, getdin. Gəlin, hərəmiz bir dənə fikir otağı yaradaq. Ad qoyduq, qoymadıq, mühüm deyil. Heç dostlarımız bilməsin, biz burada otağı fikir yaradırıq. Gedirik, deyirik ki, məsələn, döhdür, Cəvad Miriyə Minəx bir dənə otağı fikridir. Nə cür? Hər gün o Telegramda kanalı var. Orada gəlir bir nəfərin fikrini nəqd edir, qoyur ora. Ona cavab gəlir. Cavaba cavab. Baxın, bu bir dənə fikir yayır. Biz nə edirik? Bir dənə fikri bu gün deyirik, səhər yadımızdan çıxır. Əslən dostlar, gəlin oturub fikirləşək. Fikirləşin. Dostlarınızla. Milli demək yəni nə mənə? Nə cür milli olmaq var? Nə cür milli olmaq olar? Nə cür duyğularımızı, geyimimizi, oturuşumuzu, duruşumuzu, danışımızı, güləşimizi, gülmağımızı, yerimağımızı, geyinmağımızı, soyunmağımızı milli eləyək? Nə cür musiqimizi, oynamağımızı, toyumuzu, küçədə yol yerimağımızı, küçədə danışmağımızı milli eləyək? Bizim millidən düşüncəmiz nədir? Nəməniyə düşüncədir? Hansı müşəxxəsatımız olsa milli olarıq? Yəni, mən nə cür giyinsəm, nə cür tərpəşsəm, nə cür düşünsəm milli olaram? Nə cür yazsam, nə cür oxusam, nə cür geçsəm, nə cür gəlsəm milli olaram? Kimlərlə geçsəm, kimlərlə gəlsəm milli olaram? Kimlərlə geçsəm, kimlərlə gəlsəm milli olmaram? Nəyi düşünsəm milli olmaram? Nə cür düşünsəm milli olmaram? Nəyi bilsəm milli olaram, nəyi bilməsəm milli olaram, nəyi bilsəm milli bilməsəm milli olmaram. Gəlin milli üstündə danışın, yazın. O tökün fikirləri, sonra oturun onların bir-bir yazın. Mən belə düşünürəm. 7 nəfər olsaq, hərəmiz bir dənə onun üstündə yazsaq ki, mən belə fikir edirdim. Yol çıxar, yol. Fəlsəfə buradan çıxar. Baxış buradan çıxar. Dünyanın gələcəyini bura təyin eləyəcək. Teknoloji yox. Çünki əvvəlcə sizin zehniniz dəyişər. Zehniniz dəyişəndən sonra zehni özünə görə teknoloji yaradar. Zehni teknolojini özünə münasib, sizin zehniniz İrancı olsa geriyə gedərsiniz, yarada bilməz. Ən çox getsə montaj. Və İran keçən 100 ildə danışqahlardan onlar milyon mütəxəssis çıxıbdı. Hamı montaj. Montajdan sonra bir şey yoxdur.
İranlılar desinlər ki, biz falan şeyi buradan bəşəriyyətə vermişik, ixtira eləmişik, İranda işlədirik. Desinlər də bir şey desinlər. Hər sahədə deyirlər, desinlər, bunu ixtira eləmişik. Allahın Quranına da belə baxa bilməyiblər. Hədislərə də belə taza bir məna verə bilməyiblər. 1000 il bundan qabaq bir dənə molla belə deyib, belə bunlar həmanı noşqar edirlər. Gəvşirlər. Noşqarın fikrini tütəsi gəvşəməkdir. Fikir edirəm ki, elə bugün 4 saat danışacağıq. Baxım görüm neçə oldu saat. Bəli. 2 saat oldu. 2 saat yarım deyir. Hər halda otağı fikir gəlin quraq, hərəmiz, hərəz bir dənə otaq fikir olun. Fərq eləməz, xanım olsun, ağ olsun, yaşlı olsun, cavan olsun, savadlı olsun, savadsız olsun. O zaman ki, bir dənə mövzunu bəhsə qoyuruq öz aramızda və deyirik ki, bunun farslar belə düşünüblər. Gedirik, axtarırıq ha bunları. Farslar belə düşünüblər, ingilislər belə düşünüblər, almanlar belə düşünüblər, ruslar belə düşünüblər, japonlar da belə düşünüblər, çinlilər də belə düşünürlər, türkiyəlilər belə düşünürlər, Azərbaycanlılar bu cür düşünürlər, Şimali Azərbaycan. Mən də belə düşünürəm. O deyir ki, mən də belə ayrı cür düşünürəm. O da deyir. Burada neçə zaman nəzər çıxdı? Onları ki bildik, ayrı məmləkətlər ayrı bir şeydir. Amma onları niyə dedik? Onları dedik ki, beynimizdə, bizim beynimizdə fırtına yaransın. Ona görə dedik, Amerikalı belə, Fransalı belə, İngilisli belə, Rus belə, Ərəb belə, Fars belə düşünübdü. Bunu ona görə də beynimizdə fırtına yaransın. Beynimizdə fırtına yarandı, mən belə düşünürəm. Sən də deyirsən, mən belə düşünürəm. Mən təzəşdən deyirəm, o mənim zehnimə bu da gəldi, bu da ola bilər. O deyir, o mənim də zehnimə bu da gəldi. O da deyir, o mən də belə düşünürəm. Bu da deyir, belə. Görürsünüz ki, vəsətdən 20 dənə beyin fırtınasının 20 dənə mizin üstündə şey var, yazı var. 20 üzrə baxış var. Tamam. İndi bunların birini götürək, bir dənə bunun üstündə dazaşdan düşünək. Bunun üstündə düşünək. Hə, 7 dənə burada adamıq, 7 dənə burada məqalə yazacaq buna görə. Hər kəsin getsin, özün buna görə düşünsün, yazsın. 7 dənə məqalə çıxacaq, bir dənə mövzuaqda. Görürsünüz nə çıxacaq? Görürsünüz ki, ay başı siz bir dənə kitab çıxartdınız. Elə adını qoydunuz, milli düşüncə. Ruznamələr göndərdiniz, çap elədi. 7 dənə məqalə bu həftə göndərdik biz. Filan məcəlliyə, ya 7 dənə məcəlliyə, ya 7 dənə ruznaməyə göndərdik, fars dilində farslar da bilsinlər. Biz burada Azərbaycançılığın millisini beləsi düşündük. 7 dənə ruznamə çap elədi. İranda 7 dənə ruznamə hərəsi 1000 dənə nüsxə ilə 7000 nəfər adam bunu oxudu. Biz 7000 dənə gölə daş atdıq. Bu daşlar göldə dairələri salacaq, mövc salacaq, dalğa yaradacaq. Bu dalğalar o adamlardan 7000 nəfərdən deyək ki, 7-sində bu dalğanı aldılar. Canları bunu aldı. O gözəl fikirdir. Onlar da bu daşı atacaqlar. Olduq neçə nəfər? 14 nəfər. 7000 nəfər kimi. Onlar da atdılar. Yenə də bu dalğa getdi həmin o 7000 nəfərin içinə. Baxın, istəyirəm ki, nə cür düşünür? Nə cür düşünək? Fikir otağı bunlar. Bunları da, indi baxın, mən burada elə düzün axtarsınız, hazırsiz gəlməmişdim. Fəqət dünən hazırsız gəlmişdim. Dünənləri mən fəqət dedim sabahları fikir otağı haqqında danışaq. İnanın, dünən 4 saat danışmışdım. O qədər yorulmuşdum ki, bir cümlə yazamadım. Belə dedim, gedim oturum İranla İsrailin xəbərlərini görüm, halım gəlmədi. Yorğun idim. Çox yorğun idim. 4 saat danışmışdım. Mən keçən 2 ildə təsadüfdən sonra bu cür bir iş görməmişdim. Amma indi də bu cür 3 saat danışmışam. Yəni əlan enerjim yoxdur danışmaq. Amma diqqət buyurun, görün ki, əgər biz keçsək, millətimizi nə cür ayıldarıq? Bu da bir fikirdir. Millətimizi nə cür ayılda bilirik? Hangi yollarla ayılda bilirik? Nə cür millətçiliği, vətənpərvərliği, nə cür millətlərə? Bizim millətimiz əgər şəhərlərinin, əsən bunu deyək, şəhərçilik pisdir, yaxçıdır. Şəhərçilik eləməyin faydaları nədir, zərərləri nədir? Milli mənfəətləri nədir, milli zərərləri nədir? Oturub bunda danışaq. Yəni danışmayaq. Üstündə brainstorm eləyək, beyin fırtınası yaradaq, töşək bunları mizin üstünə 200 dənə buradan cavab çıxsın. 200 dənə cavab pisdən, yaxçıdan oturaq bunları duvara yazaq. 200 dənə məqalə, hərəmiz əgər burada 200 dənə məqalə yazsaq bir içində, bilirsiniz neçə cildi kitab yaradarıq? Və kitablar danışıqların əsasıdır.
Dostlar, burada indi 4 nəfər adam var. Lütfən yazın, xahiş edirəm. Əgər məni eşidirsiniz, yazın. Nəzərinizdə bu sözlər ki dedim, calib deyə yox. Yəni bu pişnahatlar ki verdim, bu iştiyaq. Bunlar calib deyə yox. Bunlara fikirləşmişdik ya yox. Lütfən cavab verin görək. Məsələn bu 4 nəfərdən ki indi bu ələn canlı qulaq asırıq, mənə qulaq asırsınız. Oldu 6 nəfər. Nəzərinizdə nədir? Yəni bunları biz mən danışmalıyam, bunları danışmalıyıq. Bunların üstündə brainstorm eləməliyik, otaq fikir yaratmalıyıq. Hər kəsən bu cür bir şeyləri yaratmağa hazırdır. Bunlar mənim nəzərimdə çox cəlibdir. Mənim özümə də təzallüm var. Belə bu günləri mən özüm bunları burada fikrə keyf eləyirəm. Nə yaxşı ki mən bu gün gəldim, sizi bəhanə elədim, burada danışdım. Bunlar mənim yadıma düşdü. Mən indi 2 yerdə bunu zəbt edir əslində. Bir dənə indi canlı yayın şeydədir. YouTube'dadır. Zahirən YouTube'da da gəlib baxan var, bilmirdim. Burada saatı da göstərir YouTube. 2 saat 45 dəqiqə 2 saniyədə mən danışıram. Bir dənə də vəsətdə dostumuz gəldi, bir 5 dəqiqə danışdı. Burada mənim bu zehnlərimdə gələn sorular, pişnihatlar, təkliflər gələn illərdə bunlar fوق lisans doktorat tezləridir. Bir dana yox. Onlar doktorat tezi bunun üstünə daşıması. Biz milli demək nədir? Nə cür bir adam milli olar? Şəhərçilik pisdir ya yaxşıdır? Şəhərçiliyin bir dana tez fəqət bunu. Şəhərçiliyin müsbət faydaları nədir? Yaxşı faydaları nədir? Çıxarları nədir? Milli çıxarları nədir? Şəhərçiliyin pis çıxarları nədir? Özü tezdir, tez, doktorat tezi. Təşəkkür edirəm. Yusuf bəy yazdı ki, çox cəlibdir. Mənim də nəzərimə cəlibdir. O birisi dostlarımızdan da cavab gözləyirəm. Görək, onlar nə cür düşünürlər? Dostlar, dediyim kimi, zorum gedir, yoruluram. Amma çalışacağım hər gün gələn bunları danışaq, brainstorm eləyək, beyin fırtınası yola salaq. İnsanlarımız siyasəti bilək. Mən də bilmirəm, ha? Mən də bilmirəm. Yəni, örgəşməyə çalışıram. Dostlar, mən bəzən Türkiyə kanallarında, Türkiyənin CNN-də, ATV-də, ya TRT-də, ya neçədən kanalı var. Bəzi bərnamələri var, orada otururam, görürəm ki, bunlar strateji danışırlar. Görürəm, bunlar beynəlmiləl siyasət danışırlar. Neçə saat? 4 saat. Canlı bərnamə, 5 saat. Canlı bərnamə 5 saat. 4 dənə adam oturub orada, ruznamenigar, siyasətmədar, hizb rəisi, filan bəhman. 4-5 dənə adam 4-5 saat bunu danışırlar. O qədər burada örgəşdirəm. Gedirəm orada otururam örgəşdirəm. İnanın. Gedirəm otururam orada. Elə gəl burada kompüter açıram ya da televizyon oradadır, orada açıram. O orada oturur, buradan qulaq açıram ona. Bir şey oxumuram. Fəqət məsələn, mümkündür kart oynayam. Amma biz örgəşməyə məcburuq, dostlar. Fikir eləməyək, hər şeyi bilirik. Hər şeyi bilsəydik, bu vəziyyətdə olmazdıq ki. Əgər biz bu vəziyyətdə eləyəcək, heç zat bilmirik. Hər nə bilirik, yalandır. Əgər, baxın, əgər bir adam deyir ki, mən çox bilirəm, baxsın, görsün vəziyyəti hardadır. Mali vəziyyəti hardadır, pulu nə qədər var, evi var, eşiyi var, yox. Əgər yoxdur, bəs bir şey bilmir. Əgər işi yoxdur, heç zat bilmir. İş qura bilmir, bir şey bilmir. Əgər bizim vətənimiz bu vəziyyəti biz bilmirik. Yəni bilsəydik bu vəziyyət olmazdı ki. Bilsəydik bilənlərin vəziyyəti nədir? Biz də otururuq. Əgər bilənlərinlə bizim məmləkətimizin fərqi var, biz indi farsların əlinin altında dururuq. Çünki farslar bizdən çox bilirlər.
Siyasəti bizdən çox başarıblar. Gediblər ingilislərlə əlbir olublar, bizdən hökumətimizi alıblar. Biz də əvəzinki gedək dünya ilə əlbir olaq, dövlətimizlə əlbir olaq, gəlmişik, dövlətimizin ziddinə Təbrizdə savaşmışıq. Özü də iftixar edirik ki, biz Təbrizdə gəldik, Qacarla savaşdıq. Ay, əcəb, böyük iş görmüsünüz. Çox böyük iş görmüsünüz. Dövlətinizi yıxmısınız. Farslar gəlsin. Farslar nə qədər bilirmişlər ki, bizi salıblar bir-birimizin canına. Biz dövlətimizlə savaşmışıq, onlar gediblər. Özləri də yox, Bəxtiyarilərlə, Gilanilərə deyiblər ki, durun gəlin, Ermənilərə deyiblər, Yəprimxanə Erməni, siz durun gəlin, Tehrana alın, biz gələk hökumət eləyək. Bizim özgə nəmənəsindən damad olublar. Nə çox ağıllıdırlar. Bizim nə ağılımız var? Hancımız bunu düşünmüşük? İndi əlanca bunu dedim, bunu hancımız indiyəcəm düşünmüşük ki, biz beləsə eləyə bilər, eləsək, məsələn, nədir eləyə bilərik, belə eləyək. Desən, yox, biz türkük, biz şey eləmərik, biz nökər olduq Amerikaya. Biz türk dünyası Birinci Dünya Savaşından bu yüzə bir dana fəqət dövlət, bir dana dövlət. Yarı müstəmirədir, qalanı hamısı müstəmirədir. 300 milyon türk milləti var. 20-30 torpaqda vətən sahibidirlər. Birinci Dünya Savaşından bu günə qədər bir dana dövlətləri yarı müstəmirədir, qalanların hamısı müstəmirədir. Nə bilir o? Aleykümselam əziz və hörmətli dostum. Nə bilir o? Harası bilir o? Bilsəydik bu vəziyyətdə olardıq. İndi bu vəziyyət, İranda bizim başımıza vururlar. Mədənlərimizi aparırlar, kətlərimiz boş, şəhərlərimiz boş, pullularımız qaçırlar. Biri də şəhərçilik eləyəndə deyir, o niyə şəhərçilik elədi? Şəhərçilik eləməsin, pulu geçsin Tehrana, İsfahana, Yəzdə, Qaşına. Biz şəhərçilik eləməliyik. Şəhərçilik əsasında köçüb gəlib şəhərimizdə pulumuzu ora qoymalıyıq. Mən Günas TV-də olanda 3-4 il çalışdım. Bunu heç olmasa Qəradağda nəticəsini gördük, sonucunu gördük. Ağa, Tehrandasan, İsfahandasan, Şirazdasan, Bəndər-Abbasdasan, Simyandasan, Gəzdidəsən, hardasan, ol. Demirəm ki, qeyd vətəni var. Amma əlində əgər bir yaz pulun var, bunu götür gəlir kəndi var. Kəndində bir dana damxa düzət, bir dana villa düzət, bir dana bağ düzət, 10 dana ağac ək, 50 dana ağac ək. Mən burada bir ev icarə eləmişəm, otururam, bu indiki olduğum yerdə. Dünən saydım 16 dana ağac əkmişəm keçən illə bu il. Hələ bir il olmayıb mən burada daşınmışam. 16 dana ağac əkmişəm. Gedin vətəninizdə ağac əkin. Gedin və ağacları yandırmayın. Qoymayın yandırsınlar. Dağlarınızı yandırmayın, qoymayın yandırsınlar. Bir baxın görün dünyada dağları nə cür saxlayırlar. İnternetiniz var əlinizdə. Gedib bu qızı baxıncan, o qızlar belə bir zərrə burası açıqdır, orada 3000 nəfər baxıncan. Demirəm gəlin bizə qulaq asın. Gedin, görün ki, Çin nə cür dağları eləyib, saxlayır. Görün Hindistan nə cür saxlayır. Görün Amerika nə cür saxlayır. Görün Kanada nə cür saxlayır. Görün o birisi yerlər nə cür saxlayır. Hamı ağac əkir. Vətəni sən mən qoruyacaq. Göydən adam gəlib vətəni qorumayacaq. Sən şəhərçilik eləməsən, deməsən ki, mənim şəhərimin, baxın, indi Kələkbərlilər bugün deyirlər ki, Kələkbərdə ağacın sayı Təbrizin 4 qatı olacaqdır. Təbrizin 4 milyon adamı var, bizim 150 min adamımız var. Amma bu 150 minin ağacı Təbrizin ağacından çox olacaq. Təbriz bir ildən sonra zəlil olar. Necə ki, Kələkbər 150 minlik adamlıq gəldi bizdən ağacı çoxdur. Parkı çoxdur, dağı çoxdur, dərəsi çoxdur. Mən 2 il, 3 ildir qarnımı cırıram. Günas TV-də olandan qarnımı cırıram. Dostlar, Urmu gölü fəqət körpü deyil. O Miyanguzar adını qoyub da farsça. O deyil. Urmu gölünün 500 kilometr dövrəsi var. Gedin görün. Axırda dünənləri bu gün yaydım. Dünənləri dostlardan biri gedibdir Şərəfxana bəndərinə, onda 2 həftə bundan qabaq yenə adını çəkmişəm ki, ağa gedin Şərəfxana bəndərindən, Rəhmanludan, oradan, buradan film götürün, görək ki, nə olubdur. Adam gedirdi Şərəfxanadan görsədi, Şərəfxana quru. Bir qətrə su yoxdur, bir damcı su yoxdur. Yağış suyu da yoxdur.
Adam mənim teorimə gəldi. O Kərdəbani var idi. Kərdəbani. O demişdi ki, Urmuc gölün qurudubdu. Quruyubdu. Azərbaycanlıları toğlayacaqsınız. Çünki Azərbaycanlılar ahmaq millətdilər. Bunları toğlamaq rahatdır. Nə edəcəksiniz? Gözlərinin qabağında bir dənə yekə göl düzəldin. Urmuc gölünün vəsətini burduzel aparın, torpağı qazın, tökün, bir dənə göl eləyin. Bunların gözləri gördükləri yeri deyəcəklər göldür. Oranı qoyun, orası doldurun, qalan yeri üstünə torpaq tökün, çəmən əkin. O demişdi. Amma bunlar nə edilər? Bunlar gəldə bir ayrış gördülər. Deyirlər ki, Azərbaycanlılar çox axmaqdılar. Onlar deyirlər. Gəldilər Urmuc gölünün 1-2 kilometr, çox yox. O körpünün dövrəsindən 2-3 kilometr oradan çıxıb baxanda bir ayrı yer görsənmir. Oranın dövrəsinə torpaq tökdülər belə. Səngər kimi qazdılar, tökdülər bura. O burduzellər orada nəyə işdirdilər? Fəqət duz sıxatmırdılar ki. Onların işi budur ki, sizi məni toğlayarlar. Nədir? Gətirdilər, bir dənə böyük göl düzəltdilər. Məsələn, o gölün, Urmuc gölünün böyüklüyü 55.200 kilometrdir. 5.200 kilometr. Yəni nə mənə? Yəni eni 1000 kilometr, boyu 1000 kilometr, eni 1000 kilometr, boyu 1 kilometr. Bu oldu 1 kilometr. 55.200 dana beləsini götürün, qoyun bir-birinin dibinə. Bu Urmuc gölünün böyüklüyüdür. Onlar gəldilər bunlardan 10 danasını düzəltdilər bizə. 10 dana bunlardan qoyublar bir-birinin dibinə. Urmuc gölünün bu tərəfdən gözümüz işləsin, o tərəfdən də işləsin 10 kilometr. Bizim gözümüz 10 kilometrdən çoxu görməz. Görə bilməz. İlla ki, çıxaq təyyarə ilə göydən baxaq, onda görərik. Onu qoyublar, oranın dövrəsini doldurublar. Yəni 10 kilometr belə, 10 kilometr belə, 10 kilometr belə. Yap beləsi beləsi. 10 kilometr də deyil. İnanmıram 10 kilometr. Mənim nəzərimə 4-5 kilometrdən izafə çıxmaz. O yekə dedim, bunu biləsiniz ki, yəni bizi toğlamağa nə ediblər? Gəliblər, burada bir xəndək kimi yarıblar, belə torpağı töküblər bura. Bura 2 metr ucalıqda aparıblar göyə. Torpaq sədd vurarlar, o cür sədd vurublar dövrəsinə. İndi su hardan gəlir? Gətirirlər burada körpünün altına. Biz oradan gedirik, düşürük, qaçırıq. Dostların bəzi cəsarət edibdi, girib içəriyə göstərib nə qəddir, bəl ayağının harasınacan çıxır. Bir iddəsi maşınla gedib ki, mən buracan gəlmişəm maşının içinə, maşının təyərimin yarısına çıxmır. Amma biz necə? Adamlar gedirlər, orada 2 damcı su görürlər, vay Urmuc gölünə bax. Bu qədər sadə millət, bu qədər bizi toğlaya bilirlər, bu qədər toğlanmağı sevirik. Bu qədər toğlanmağı sevir. Kasıb insan, beyni zəif insan toğlanmağı sevər. Biz də toğlanmağı sevirik. Oradan bəllidir ki, biz kasıbıq. Beynimiz işləmir. İndi bu günləri mən çalışırdım beynimizi yola salmaq yolunda. Fikir otağı, düşüncə otağı dostlar. Şeydir. Düşüncə otağı fikir otağı düşüncədir. Nə cür mən düşünüm, nə cür baxım, nə cür görüm, nə cür sual eləyim. Biz ora getməliyik. Biz sual soruşmağa öyrəşməliyik. Sənlə mən həmvətənik. Dilimiz bir, dinimizlə işimiz yoxdur. Dinimi mən çıxartdım, qoydum yerə. Bu mənim dinim idi. Çıxartdım kravatımı, çıxartdım, qoydum yerə. Çünki din kravat kimi bir şeydir. Boynuna bağlarsan, biri də yapışsa, çəksə boğularsan. Din belə bir şeydir. Dini dəyişdirə bilərsən. Mən dünənləri qırmızı bağlamışdım, bu günləri ağ bağlamışam, sabahlarda bir ayrı rəng bağlayacağam. Din belə bir şeydir. Amma sizinlə mənim dilim birdir, qanımız birdir, yurdumuz birdir, vətənimiz birdir, keçəcəyimiz birdir, gələcəyimiz bir olacaq. Biz bir-birimizi hörmətlə, təşkilatlarımızı da. Əgər bir dənə farsdan soruşuruq ki, sən niyə mənim vətənimdə belə elirsən? Türkiyəcə deməyəcək, Türkiyəcə deyəcək ki, Selamünaleyküm. Çox hörmətli, sayğılı dostum. Uca səsinlə danışmayacaq. Mənim böyüyüm,
mənim ustadım, mənim yoldaşım, mənim vətəndaşım, mənim dildaşım, mənim dərddaşım. Sən də mənə tay dərd çəkirsən, mən də sənə tay dərd çəkirəm. Biz neynəməliyik? Nə cür bu vəziyyətdən çıxmalıyıq? Nə cür milli olmalıyıq? Nə cür milli düşünməliyik? Nə cür milli davranmalıyıq? Bir dənə millətin 80 min nəfər, 100 min nəfər deyirlər getmiş traktora. Bura gələn 6 nəfərdir. 6 nəfər. İndi bir dənə orada bir qız başını açsın. 100 min nəfər orada olacaq. Bunun harası milli düşüncədir? Siz mənə bunu deyin. Milli düşüncədə nə dərkimiz var? Nə düşüncəmiz var? Bunlar bizim dərdimizdir. Bunları danışaq. Yoxsa o hizbi, bu hizbi həmlə eləmək çox rahatdır. Mən də həmlə edirəm. Həmlə eləyək ki, nə olsun? Onlar bir şey qurublar. Mən bir şey qurmuşam. Onların qabağında bir şeyim var verəm. Bir şey qoymuşam uyduna. Axı o adam həmlə elər ki, deyir, mən də bunu mən qoydum uyduna. Mən deyirəm, bu qələm pisdir. Yoxsa dərdi dəyməz. Hangi qələmim var əlimdə? Bir qələm verirəm. Bunu demək ki, pisdir. Okey, mən də deyirəm pisdir. Tamam, hamımız dedik pisdir. Neyniyək? Alternativ nədir? Alternativ nədir? Riqabəti bilməliyik dostlar. Riqabət nədir? Riqabətsiz bir millət sınar, yatar. Biz Qacar dövründə niyə sındıq? Üçün riqabət yox idi. Biz Osmanlı dövründə niyə sındıq? Üçün riqabət yox idi. Bizim hakimiyyətimizdə riqabət olmadığı üçün oldu. Riqabət eləməndə silah götürdük, Qacarı yıxdıq. Biz silah götürüb biri özümüz... Baxın, dostlar, dünən bunu dedim ki, burada da bir xülasə deyim. Biz, Farslar, bizim dövlətimizi, bizim əlimizlə yıxandan sonra Qacarı. Dünən necə ki, deyirlər məşrutə, gəlirlər, deyirlər ki, istibdad-ı sazəndi. Diktatöriyyə tövsiə tələb. Moderniyyət nə mənə? Yəni demokrasi, məclis onlar üçün bizim dövlətimizi yıxmağa bir hədəf idi. Biz neynədik? Biz əvəzincə ağıllı olaq, öz millətimizin yanında duraq. Deyək ki, mənim dövlətim müstəbiddir, mənim dövlətimdir, amma mənimdir. Bunun mənfəəti mənə gəlir. Fars mənə nökərdir, mən ona nökər deyirəm ki, mən yaxçıdır ki, müstəbiddə. Çünki onu saxlamışam. Amma biz müstəbid deyildik ki, bədbəxtçilik budur, biz müstəbid deyildik. Osmanlı müstəbid deyildi. Siz bilmirsiniz istibdad nədir? Siz bilmirsiniz istimar nədir? Çünki yaşırsınız içində balıq kimisiniz ki, girmişsiniz bir suyun içinə, bu suyun içində zəhərli suyu udursunuz, bu dünyada bundan gözəl su olmaz. Çünki ayrı su görməmisiniz ki, az su görməmisiniz ki. Mənim yadıma gəlir, biz kənddə gedərdik suyu içməyə, zəli dolu olardı suyun içi zəli ilə. Onu biraz pilərdik o üzbüyüzə, oradan içərdik. Ay, dünyanın ən gözəl suyular sərindir. Olan nə gözəl suyu. Zəlili suyu, qurtlu suyu, suyu, inək içdiyi suyu içirdik. Üstə üz istəm, şab edirdilər suyun içinə, işirdilər. Mallar, heyvanlar, adamlar özlərini yuyurdular, təharət alırdılar. Biz də aşağıda onu içirdik. O kətdə yuvur, bu kətdə içir. Bunun harası behişdir, harası cəhənnəmdir, harası cənnətdir. Amma bunu adama deyəndə, sən mənim filan bulağıma söyüş elədi. Sən mənim suyum. Yox, söyüş, sən söyüşün altında yaşırsan. Mənim söyüş eləməyimə ehtiyacın yoxdur ki. Bunun üçün biz bunları düşünək. Mən sizlərdən xahiş edirəm. Hər kəsin getsin, tanıdığı dostları ilə bir fikir otağı qursun. Bir dənə kitab oxuyun. Dostlar, Farsı romanları oxumayın, Farsı kitabları oxumayın oradan ki mümkündür. Çünki bunların hərəsi, hər kəlmə bir güllədir. Baxın,
Bir güllə var, tüfəkdən çıxar, vurar adama, adam yaralanar, adam ölər. Bir də kəlmə sözdür. Söz bu beyinə girər. Bu beyində hər söz ki, bura vurursa bir mıxdır. Məsələn, deyir ki, baba, abdad. Baba bir mıx, ab bir mıx, dad bir mıx. Amma fars mıxıdır. Bunlar vuruldu bura. Siz hər kitabı ki oxursunuz, onun hər kəlməsi bir mıxdır sizin zehninizə vurur farslaşmaq üçün. Bax, bunu mənə deməmişdilər. Mən özüm indi 2 ildir çalışıram, farsça kitab oxumuram. Çünki neçə il ki, Günaz TV-də danışandan sonra, yazandan sonra özüm baxdım, gördüm ki, axı, məndə bir İrançılıq var azdan çoxdan. Çox düz, az deyil. Hələ mən ayılmış bir adamam, özümə ayılmış bir adam bilirəm. Bəzi dostlarla danışanda görürəm ki, nəqd edir mənim düşüncəmi. Əvvəldə cavab verirəm, sonra gedirəm çünki ola mən niyə bu adama cavab vermişəm? Düz deyirmiş ha. Geçən həftə yox, o birisi həftə Oğuz bəylə bəhsimiz var idi burada canlı yayında. Bəhsdə bir şey gəldi, danışdıq. Qəbul eləmədim əslində. Gecə getdim, yazdım ki, Oğuz bəydən bir şeylər öyrəşdim. Elə həman videosunun altında qoydum ki, mən Oğuz bəydə bu bəhsədə bir şeylər öyrəşdim. Bildim ki, yanlış anlayıram, yanlış düşünürəm. İradı yoxdur ki. Biz hər dəfə özümüzü islah eləməyə, özümüzü dəyişdirməyə hazır olmalıyıq, bu yola getməliyik. Qurur o zaman yox, mən öyrəşdim. Onun üçün mən deyirəm, mən nəzərim daimən dəyişə bilər. Çünki mən hər gün bir şey öyrəşirəm. İnsanlar niyə məsələn bəzi adam təhlil edir, deyirsin ki, onun təhlili çox qəşəng. Çünki onun əlində çox məlumat var, onun üstündə çox ittilaat toplayıbdır, oradan olubdur, bu eləyə bilir, qəşəng təhlil versin. Məndə o ittilaat olmadığı üçün təhlil verəmərəm. Məsələn, dostlar dedilər, İsrailə görə danışaq, ya təyyarələr filan təyyarəyə görə danışaq. Dedim, mən danışa bilmərəm, mən Türkiyənin təyyarələrini görürsə, bilmirəm, danışamaram. Axı, dərdə dəyməz ki, mən niyə gəlim burada bir şeyləri danışım, ya bir şey deyim ki, əslən bilmirəm nədir. Bəzi şeylərdə dedim, bax, bu gün burada danışa-danışa mənim zehnimə fikirlər gəlir. Çünki insanlar danışanda fikir gələr. Danışıq da içir jürədir, dostlar. Bir uca danışırsan, qışqıra, fikirləşirsən ki, mən indi əlan sizinlə ki danışıram, bağıra fikirləşirəm. Bir budur. Bir də vardır ki, düşünə bağırıram. Nə cür? Yəni, içimdə bağırıram, danışıram. Lalam ağzım danışmır, amma içində qovğadır danışıram. Bu o zaman olur ki, siz öz canınıza, tək canınıza yol yeriyirsiniz, ya tək canınıza yazı yazırsınız, ya tək canınıza düşünürsünüz. O zamandır. Amma o zaman ki, danışırsınız, onda düşünürsünüz. Bunun üçündür mən birdən taza bir fikir gəlir zehnimə, deyirəm, elm beləsi tolid olar, elm beləsi ürətilər, elm beləsi ortaya çıxar. Və bizim millətimiz elmisiz, cahil bir millətdir. Biz cahil millətik. Əvvəl gərək bunu qəbul eləyək ki, cahilik. Cahil olduğumuz üçün dövlətimizi yıxmaq, farslar bizi qurublar, biz dövlətimizi yıxmışıq, dövlətimizi məşğul eləmişik, dövlətimizə, Osmanlı dövlətinə xiyanət eləmişik. Osmanlı yıxınıbdır, türklərdən danışıram, yəni özümüzdən danışıram. Bunu biz eləmişik. Farslar bizi əllərində oynadıblar. Səttar xan, Baqir xan, filan kəs, Bəhman kəs, bunlar olublar, onların əli oyuncağı Türkiyə dövləti, Qacar dövlətin məşğul eləmişik, farslar gediblər, özləri də yox. Fars yoxdur. Gedibdir, lorlara, bəxtiyarlara deyib ki, siz gəlin, buradan da gedib Gilanilərə deyib, siz gəlin, oradan da Yəhprimxan Erməni Yəhprimə deyibdir ki, siz gəlin, gəliblər, bunlar deyiblər, gəlin, Tehranı alın, tamam. Mən rəis olacağam. Mən rəis olacağam. Siz gəldiniz, bura savaşdınız, 3 gün Tehranda savaşıblar. Mənim dövlətimin, bizim dövlətimizin gücü Tehranda savaşır, Təbrizdə də savaşır. Təbrizdə indiyəcən kef edir. İnqilab-ı məşruta. Sən İnqilab-ı məşruta Təbrizdə harada idi? Təbrizdə nə olubdu? Nə İnqilab-ı məşrutəsi? Nə İnqilab-ı məşrutəsi Təbrizin xəbəri olmayıbdı. Tehranda yenə bir 4 dana molla, 2 dana framason oturublar, etisab eləyiblər. Gediblər İranın, İncilistanın sifarətində nahar yeyiblər, şam yeyiblər.
Sən Təbrizdə nə etmisən? Heç zət, fəqət durmusan Qacarı yıxmağa. Güllə götürübsən, buradan cahil ol, cahil. Əvvəl cahilliğimizi qəbul eləyək, sonra bilək ki, cahil ol, cahillikdən çıxmağın yolunu axtaraq. Bir dana otağa fikir gərək ola, bir dana yox, 1000 dana gərək otağa fikrimiz ola ki, deyək, biz cahilliğin əlaməti nədir? Cahillik nə deməkdir? Biz cahilik ya yox. Cahil olmamaq üçün nə etməliyik? Hardan başlamalıyıq cahillikdən çıxmaq üçün? Ondan sonra qapılar açılacaq üzümüzə. Ondan sonra yavaş-yavaş deyəcək ki, ey kaş Osmanlı qalaydı bizi işğal eləyəydi. Ey kaş Qacar qalaydı istibdad olaydı. Çünki mənim heç olmasa hökumətim var idi. Fars mənim nökərim idi. Mən ki Farsın nökəri deyildim. İranın hər şeyini biz sümürürdük. Əgər başarsaydıq ki, sömürürdük bu təəssüfanə. Nə neft var idi onda, nə qaz var idi, nə də bir şey var idi. Amma biz sümürəcəkdik qalsaydı da. Niyə qoydu Farslar sümürdü? Bu qədər ahmaq bir millət o. Cahil bir millət o. Dünən dedim dostlar, bunu deyim qutarım. Bunu da deyim qutarım. İndi oldu neçə saat? 3 saat 10 dəqiqə. Dünən dedim. Məsihiyyət dünyası neçə dana imperatorluq qurubdu keçən 1000 ildə? Neçə dana? Heç birisi də uzun ömr eləməyibdi. Dünyada o imperatorluqlar çox uzun ömr eləməzlər. Qanundur. İlla təkcə imperatorluq. İspaniya imperatorluğu 100-150 il ömr eləyibdi. Kristof Kolomb məhmen. Portuqal imperatorluğu elə o da 150 il ömr eləyibdi. İngilis imperatorluğu o da 150 ildən az eləyibdi, ömr eləyibdi. Bu iki ad illər torpaqlarında gün qurun çıxmazdı İngilistan imperatorluğu. Özü indi bir cəzirədir. Amma hələ fiilən imperatorluq sistemini saxlayıb ha. Osmanlı imperatorluğu 600 il imperatorluq eləyibdi. 600 il dünyanın baş gücü olubdu. Və sonra içindəki, onu deyəcəkdim. O Məsihi dünyasının imperatorluqları hamısı bir hədəfə gəliblər. Bir hədəfləri var. Nədir? Hangi torpağı işğal edirik, onların dilləri bizim dilimiz olacaq, dinləri də bizim dinimiz olacaq, tarixləri bizim tariximiz olacaqdır, hər şeyləri bizim tariximiz olacaqdır. Biz olacaq, biz olacaq, bizim fotokopumuz olacaqlar, bizim əksimiz olacaqlar, onlar bizim nökərimiz olacaqlar, onlar işləyəcəklər, biz yaşayacağıq. Gəliblər Latin Amerikaya, gəliblər Güney Amerikaya, hamının dilini eləyiblər İspaniyalı. Paltarlarını eliblər İspaniyalı, tarixlərini eliblər İspaniyalı, iqtisadları. Tamam bunlar nə mənə işləri, gücləri var, düzəldiblər ki, göndərərlər fəqət onlara. Müftə alıblar, orada keçiniblər. Şefə, imperatorluq qurublar. Çünki İspaniyanın nə qədər cəmiyyəti var idi. İngilistan hamısı yığsaz Urmuc gölündən biraz yekədi. Urmuc gölündən biraz yekədi İngilistan. Nə qədər cəmiyyəti ola bilərdi 100 il, 150 il bundan qabaq? 2 milyon, 1 milyon, 3 milyon beləsi. İndi də cəmiyyəti ki vardı, o cəmiyyətin yarısından çoxu o birisi millətlərdir gediblər ona. İngilisdə hesab olunurlar. Cəmiyyəti yoxdur ki. Ağlı var idi. Dünyanı toplamışdı məlumatı, ondan dünyanı saxlardı. Hər yerə gedibdi, gəlib Kanadaya adamları öldürüb ikinci hamısının dilini dəyişdirib İngilisiyə. Osmanlı gedib alıb, Qacar alıb, Gürcüyə deyib, sən Gürcüsən, qal, dilini də saxla, imanını da saxla, torpağını da özün, fəncəyin də özün, sən mənə maliyyə ver. Ermənini alıb o cürsü, Kürdü alıb o cürsü, Ərəbi alıb o cürsü, o birisini alıb bu cürsü, Qırğız, hər yerə gedib o cür eləyibdir, Rusu alıb beləsi. Amma onlar o cür eləməyiblər. Onlar sümürüblər. Beyinlərin, malların, qazandıqları malların, yerlərin, torpaqların, suların, ağaçların, güllərin, yarpaqların, bunlara belə sümürüblər, aparıblar. Gücləniblər. Və bir Məsihiyyət dünyası ki,
Ömür boyu o dilin altından çıxamayacaq, o tarixin, o beyin yıxamağın altından çıxamayacaqlar. Qacar, xüsusən Qacar çox güclü bir dövlət deyildi. Osmanlının bir parçasıdır. İçində bir parçadır. Müstəqil dövlətlərindən biridir. Mənim nəzərim belədir. Osmanlı hər yerə gedibdi, deyibdi ki, siz fəqət mənə maliyyət verin. Diliniz özünüzün, diliniz şahız da qoyun qalsın, diliniz özünüzün, diliniz özünüzün, tarixiniz özünüzün, təhsil sisteminiz özünüzün, hər şey sizin özünüzün. Osmanlılar, İspaniyalılar gəliblər, Androsu alıblar, deyiblər ki, öldürüləni öldürüblər, deyiblər gedənlər getsin, qalanlar bizim dilimizi, dinimizi qəbul edəcəklər, məscidlərimiz kilsə olacaqdır, ibadət həqqımız yoxdur, gecə yatanda da, qışda da qapılarınız açıq qalacaq ki, biz girib görək ki, siz evinizdə nə iş görürsünüz. Dadgah-ı Engizisyon deyirlər ha, onu Avropalılar üçün düzəltməyiblər, onu bizlər üçün düzəldiblər. Bizləri orada ibadət edir, türkü danışır ya yox, ərəb danışır ya yox, namaz qılır ya yox, ondan ötürü düzəldiblər. Mən ona görə dedim, bu bir dənə təhqiq məsələsi qoydum ortaya. Bunu ingilislərə də bir iki nəfərlə danışmışam demişəm. Demişəm ki, Engizisyon dadgahlarının səbəbi budur. O Avropadakı qurunuvuzda adamları yandırırlar, onun səbəbi budur. Bizləri, türkləri, müsəlmanları istəyirdilər ki, deyələr ki, bunlar gərək müsəlmanlıqdan çıxalar onun üçün və hər kəsi tutsa idilər, o cüzü mühakimə edilər, yandırırdılar, öldürürdülər. Dedim, acaba qalilə, o birisilər ki var idi, odda yandırırdılar, bunlar türk ya müsəlman imişlər. Əslində bunlar bundan imiş. Çünki bunlar hər kəs onlardan fərqli düşünürdü, onları yandırırdılar. Və onlar ki müsəlmanıdır, onları yandırırdılar. Məsihlərlə işləri yox idi. Məsihlərlə işləri olsa bir belə filosoflar var o dövrədə. Onları gərək yandırırdılar. Niyə onları yandırmayıblar? Niyə qaliləni filanı yandırıblar? Çünki mənim nəzərimə gəlir ki, ehtimalən bunlar türk və müsəlmanmışlar. Və Engizisyon dadgahı ki, demişdi, qapılarınız açıq olsun, bizim gəliblər görüblər ki, bunlar ayrı bir şeydə danışırlar. Biz belə eləməmişik. Amma kaş eləyəydik. Kaş bizim Osmanlı dövlətimiz qalıydı, o böyüklükdə imperatorluğumuz olaydı. Dünya bizim məhmizimizin altında olaydı, bizə dişköturumuz olaydı. Amma dövlətimiz olaydı. Biz ağa olaydıq. Onlar nökər. İndi onlar ağadılar, biz nökər. İndi nə demokrasimiz var, nə azadlığımız var, nə liberalizmimiz var, nə marksizmimiz var. Heç birimiz yoxdur. Heç bir şeyimiz yoxdur. Nökərdən də aşağı yox. Müstəmirə. Beynimiz də müstəmirə. Dilimiz də müstəmirə. İqtisadımız da müstəmirə. Yeraltımız da, yerüstümüz də, suyumuz da, torpağımız da, heyvanımız da, quşumuz da. Təbrizdə yadıma gəlir. Mən o zaman orada xəbərini görülanda yadıma gəlir. İftixarından biri bu idi ki, biz xaricələrə icazə veririk, gəlsinlər, Təbrizdə getsinlər, heyvanları vursunlar, birinə $1000 bizə versinlər. Bu da böyük xəbər idi. İstimar buna deyirlər. Adamlar, mən xaricəlilərə icazə verirəm, gəlsinlər, getsinlər, Azərbaycanın heyvanlarını vursunlar, mənə $1000 versinlər. Biz də sümürcə insan olduğumuz üçün onu xəbər elədik. Heç birimiz durub dahi demədik, ustandar, fərmandar, filan kəs, sənin nə haqqın var mənim heyvanımı öldürəsən? Sənin nə haqqın var $1000 ötürü mənim heyvanlarıma icazə verəsən? Məgər mən bu qədər müstəmir olmuşam. Amma müstəmirə necə olur? Müstəmirə bilirlər da. Müstəmirə bilirlər. Etiraz eləmədik, heç xəbəri vurduq. Azərbaycana pul gələcək. Mənim yadıma gəlir, Urmu gölün qurudanda əvvəl bizə belə dedilər. Dedilər ki, buranın Artemiya, Urmiyası var ha. Onu Japonlulara satırıq kilo falan dolara. Bir dünya pul gələcək Azərbaycana. Biz də səvindik, gəlmişik, xəbərnigar olaq, beynəxi yoxdur. Cahiluq axı. Bilmirik ki, farslar bizlə nə oynayırlar, hədəfləri, amaçları nədir? Çünki brainwash eləyiblər bizi. Biz düşünmürük, biz brainstorm eləmirik, biz beynimizi işə salmırıq ki, görək bunların hədəfləri nə ola bilər? Gəldik, yazdıq, Azərbaycanda Urmu gölü çox mühümdür. Həm suyu var, həm də ki, bunlar gələcəklər, şey eləyərlər. Burada şirkət qoyacaqlar, bu heyvanlar ki vardı, bunları şey eləyəcəklər, satacaqlar Japonlara, pul gətirəcəklər, dolar gələcəklər. Nə dolar gəldi Azərbaycana, nə bir şey. Əvvəl bizi razı saldılar ki, heyvanı öldük, sonra razı saldılar ki, biraz bunu qurutsaq, heyvanları rahat tutarıq. Sonra da dedilər ki, gedin şeyi də alırsın. Aşıq oynamağınızın da alırsın. Sizin aşıq oynamaq vaxtınızdır.
stratejiləri başlatdınızsa, 2 dənə də bu cür strateji dedim. Farslar nə cür bizi işlətdilər, dövlətimizi yıxdıq, dövlətimizin başını qatdıq, dövlətimizi gəldilər, bəxtiyarilərlə şeyi də gətirdilər, farslar, lordlarla, erməniləri, şimallarla erməniləri gətirdilər, dövlətimizi, bizim dövlətimizi yıxdılar. Bizim dövlətimizə nə bəxtiyarilər ağ oldu, nə şimalilər, nə ermənilər, farslar ağ oldu. Bizə də hissat vermədilər. Səttarxanı, Təbrizi də qırmalı idilər. Nə cür qıracaqdılar? O mücahidlər ki var idilər, savaşırdılar, ha? Pul almışdılar. Onlar dedilər, gəlin Tehrana sizin işimiz var. Apardılar orada, sən sərdar-ı milli, sən də salar-ı milli, sən sizə hüquq verəcək məclisdən. 2 aydan sonra dedilər ki, silahlarınızı verin, öldürürük. Vermədilər, hamısını öldürdülər. Hamısı. Qətlam oldu. Qətlam. Bizim birinci qətlamımız məşrutədə başladı. Mən həmişə bunu bilmirdim, bunu da bu gün bildim. Bunu bu günləri burada sizinlə danışanda bildim ki, o qətlam idi. Biz məşrutədə Tehranda qətlam olduq. Bizi çağırdılar Tehrana. Bizim südümüzün, toplumumuzun qaymağı, ağıllıları, mübarizləri getdilər Tehrana, hamısını qırdılar. Sonra da məşrutədə qırdılar, terrorla qırdılar. O da bir qətlamdı. Məşrutədə farslar nə edilər dostlar? Terror qrupları yaratdılar. Framasonların büdcəsi ilə. Və onunla, yenə bunların hamısını dünənki videoda, 4 saat videoda danışmışam. Çox uzun danışmışam. Bu günləri bunları danışmayayım. Görürsünüz, cahillik bizim başımıza nə gətirdi? Hələ mən indi istəyirəm, indi bilirəm, məşrutədə də mən qətlam olmuşam. Və hələ deyirik ki, qətlamı görək nə cür məni eləyə bilirik. Qətlamda deyiblər, gələrlər, burada arvad uşağı öldürərlər. Yox, arvad uşağı öldürmək lazım qətlam deyil. O zaman ki, sənin düşünən fikri öldürdülər və sən qorxdun, daha təslim oldun. Elə qorxduq, qətlam elədilər bizim məşrutəyə, Səttarxanla gedənlərə. Elə qorxduq ki, dövlətimizi yıxanda cıqqırımız çıxmadı. Hamımız dedik, bəli, Rıza Şahı, Təbrizdilər. Rıza Şahı paşahlığa yetirən Təbrizlilər oldu. Təğiyizadələr oldu. Tamam, Təbrizliləri demirəm, amma o başda gələnlər ki var idi, qaymağın başında qaldılar, əbrişəm dəsmal götürmüşlər, ipək dəsmal götürmüşlər, əllərdə farsları yağılırdılar, oradan framasonlarla işləyirlər, framason idilər. Onlar bizim hökumətimizi satdılar dəsmala. Zindanda bir gözəl söz vardı, deyirdilər ki, adamı satarlar siqar külünə. Yəni siqar külünə dərdi dəyməz ki, heç kəs onu saxlamaz. Amma bəzi adamı satar siqar külünə. Biz dövlətimizi satdıq, farslar bizə desinlər ki, bunlar məşrutəçi idilər, bunlar inqilabçı idilər, bunlar demokrasi idilər, bunlar əvvəlinhadılar. Dünyada əvvəlinlər idik ki, bu da mənim taza fikir gələcəkmə. Əvvəlinlər idik ki, dövlətin yıxdı. Əvvəlin millət ki, tarixdə öz dövlətin yıxıbdı, gedib deyibdi, gəlin mənim boynuma boyunduruq salın, özünüzə farslar bizi qul eləyin. Nökərlərimiz gəldilər bizə, özümüz nökərimizi çıxartdıq başımıza. Sən gəl ağa ol, mən gedim nökər ol. Birinci, əvvəlinha Təbrizdir. Əvvəlinha, başda gələn birincilərdən Təbrizin budur. Öz dövlətin yıxıb, dövlətsiz bir milləti gətirib özünə dövlət eləyibdir. Sonra da deyib ki, sənin dilin mənim dilim. Mən öz dilimi çaxıram. Mən türk deyiləm, sən deyənəm. Başımıza çox daş düşübdür. Bilmirik, hələ durmamışıq yoxdan. Hələ mən indi burada sizinlə danışa beynim düşür işə. Axı deyir ki, bəzi motorlar var, işə düşməzlər, zora salmaqdır. Onları salsan, işə salsan, elə ki düşdüksə onu saxlamaq olmaz. Beyin də beləsidir. Əvvəl yavaş-yavaş qızışdıqca işdir. Qızışdıqca işdir. Qədim trellərdə də bu cür idi. Motor qızışmazdı, tiraq aparardılar, yandırarlar, motorun altına qoyardılar, yandırardı. O da onu yavaş-yavaş içərdən açılıydı. Bu treli düşəydi işə. Sonra da maşın qızışdıqca işlərdi, yol gedərdi. İndi biz də oturuq. Mənim özümü deyirəm, sizlərə demirəm. Biz deyəndə özümü deyirəm. Mənim indi 3 saatdan sonra yavaş-yavaş beynim düşür işləməyə. Amma yorulmuşam axı. Gözlərimdə də baxsaz görərsiniz, yorunuq. Özüm ki acısını görürəm, sizlər bəlkə rəngin görəsiniz, qızarmışın zadını görəsiniz. Amma indi beynimiz istəyir düşsün işə. Biz belə bir millət. Əvvəl uzarıq, sonra düşünərik. Məsihlər deyiblər ki,
Məsihlər deyiblər ki, ermənilər deyiblər, müsəlman ikinci ağlı. Biz hələ birinci ağıldan ayılmamışıq. Hələ başımız o ölü deyərlər, ha ölür yuxudan qəbirdə durar, başı deyərlər, hədə aylar görər ölübdür. Biz hələ ayılmamışıq. Bizim dostlar, təşəkkür edirəm. Sağ olun, var olun ki, buradan gəldiniz, getdiniz, qulaq astınız. Umarım ki, eləyə bildim, sizlərə yetirəm. Fikir otağı nə deməkdir? Nə cür qurmaq olar? Nə cür işləmək olar? Nə cür eləyə bilərsiniz, yaradasınız? Nə cür eləyə bilərsiniz, başlayasınız? Müntəzir olmayın, biri sizə fikir otağı yaratsın. Hər kəs özü, hər yerdə varsa, özü fikir otağı yarada bilər. Siz lider ola bilərsiniz. Siz çalışın. Baxın, arzu qurun. Arzu qurun ki, mən istəyirəm məmləkətimi müstəqil eləm, rəis cümhur olam. Mən bir dostumla danışırdım, dedim ki, bizim mərzimiz haracandır. Dedi ki, sən mərzivi filan yerə qoymasan, oradan dalı oturdan da sən gələrsən, Tərbiz səlahiyyəti qalar sənə. Sən istəyirsən ki, Tərbizi Azərbaycan, indiki Azərbaycanı saxlayasan, gərək gedəsən filan yerəcən alasan ki, bir moqə güclər sənə zor gəldilər, dalıya oturdun, gəlib laqəl vətənin mərzində da qala biləsən. Çox sağ olun, təşəkkür edirəm. Dostlardan ikisi, üçü taza söz yazdı. Bunları da oxuyum gedim. Yaşasın əziz qeyrətli millətçilər və üzərində hörmətli, qeyrətli İrəc Paşapur bəyim. Sağ olsunlar. Xoş gördük Fərhad bəy. Bunları heç birisini tanımıram. Dostlar fəqət yazır. Ustadcan lütf eləyin İrəc Paşapuru bəyim gətirin üstə danışsın. Sayın İrəc Paşapur gözəl və hörmətli millətçidir. Paşapur bəyləri mən görmürəm. Əgər siz görürsünüz, buyurun gəlsinlər. Mən görüm hardadır. Yəni istəsələr danışalar, burada əlamət versələr, bilmirəm, mən başarmıram bunları. Bir də görsəm burada vardılar, çağırıram, amma mən görmürəm. Adlarda da baxıram, mən İrəc adında bir adam görmürəm. Görsəm çağırıram, amma görmürəm. Bir neçə dənə adam üstə baxdım, bir 10-15 dənə getdim üstə yazılarla. İrəc adında bir adam görmürəm. Amma əgər göylü olsa, istəsə, mən üçün istəyirəm yavaş-yavaş sizdən həlallaşam gedəm. Dostlar, acı danışdım. Millətimizi cahilliğə müttəhəm elədim. Amma inanın mənə, millətimiz cahildir. Millətimiz yox, mən cahiləm. Biz cahilliğimizin qurbanını getmişik. Demişik və çox bilirik, amma bilmirik. Bizi oynadıblar. Bizi yaxşı oynadıblar. Çalıblar, oynamışıq onlar üçün. Savaşmışıq onlar üçün. Özümüz öz əlimizlə ağzımızdan çörəyi çıxartmışıq. Demokrasi istirik. Demokrasi deyə hökumətimizi əlimizdən almışıq, vermişik farslara. Biz belə bir millət. Bu qədər cahil və bilmirik. Bilmirik. 4 nəfər də istər çalışsın, həmlə edirik. Təşəkkürlər, sağ olasınız. Dostlar, hamıza can sağlığı arzularım. Vətən dostum, siz mənə alov vurdunuz. Mənə od vurdunuz, mən danışdım. Çox da danışdım. Çox sağ olun ki, bu odu mənə vurdunuz. Hər gün gəlin. Hər gün gəlin mənə bir od vurun. Qoyun mən biraz coşum. Zahirən beyin coşmaq lazım imiş. Bir nişatır lazımdır mənim bu beynimə. Biraz düşünəm. Təşəkkür edirəm. Gecəs xeyrə qalsın. Sağ olun dostlar. Görüşərik. Görüşmək ümidi ilə. Sağ qalın. Duamızı eləmədik. İlahi və Rəbbi, bizi bu cəhalətdən çıxmağa yardımcı ol. Biz bilaq ki cahiluq, biz bilaq ki uduzmuşuq, biz bilaq ki bilmirik, biz bilaq ki vətənimizi işğal, özümüz vermişik işğal eləsinlər. Bilaq ki bizi oynamışıq düşmənin nəfinə. İlahi, İlahi, bizi bu öyrəyəti ki, bilaq vətən nədir, millət nədir? İlahi, bilaq millətçi nəcür olmaq olar, vətənçi nəcür olmaq olar? İlahi, bizə vətən qeyrəti, millət təəssübü, vətən təəssübü inayət elə. İlahi, vətənimizə yağış yağdır, sularımızı, göllərimizi doldur. İlahi, nemətin gəlsin, yeraltı sularımız dolsun. İlahi, meşələrimizi abad eləməkdə, çöllərimizi abad eləməkdə, heyvanlarımızı, canavarlarımızı, qurtlarımızı, ayılarımızı, quşlarımızı qorumaqda bizə yardımcı ol, bizə ayıld. İlahi,
dövlətimizi qurmağa, vətənimizi qurmağa, istiqlalımızın yolunda savaşmağa, öldürməyə və ölməyə bizi hazır eylə. İlahi, İlahi və Rəbbi, bizi bir-birimizə yaxınlat, bizi bir-birimizə hörmət qoymağa, bir-birimizə ehtiram eləməyə, bir-birimizə dostluqla, yoldaşlıqla, qardaşlıqla, bacılıqla, nənəliqlə, dədəliqlə bir-birimizə yanaşmağa, bir-birimizdən danışmağa, bir-birimizi düşünməyə köməklik elə. İlahi, İlahi, bizə güc ver, dövlətimizi quraq, rəis cümhur olaq, vəzir olaq, ustandar olaq, məclis quraq, dövlət quraq, dadgah quraq, qazi olaq, ədliyə olaq, rəis idarə olaq. İlahi, dövlətimizi quraq, millətimizi idarə edək. İlahi, bizi geri qalmaq fikirlərindən qutar, dünya keçib gedibdir, biz onlara yetişmək üçün bizə aydınlıq ver, bizə düşüncə ver, bizə fikir ver, bizim beynimizi alışdır, ayındır, bizim beynimizdə bir inficar yaratdır ki, biz dünyanı bir ayrı cür görək, fərqli düşünək. Bunun üçün fərqli yol tapaq. Amin dostlar. Gecəz xeyirə qalsın.